Salam əziz və hörmətli dostlar, xoş gəlmisiniz. İndi bugün bu proqrama baxan dostlar canlı, ya gələcəkdə hər zaman baxan, ya qulaq asan, dinləyən dostların hamısına salam ərz edirəm. Umarım keyfiniz sazdır və yaxşısınız. Mən İnsafəli Hidayət, Düşüncə Bağı proqramın, Düşüncə Otağı desaq bəlkə onu aparıram. Biz bu otaqda bir proje götürdük özümüzə, sizlərlə bərabər danışa bir proje götürdük. O projede dedik ki, Güney Azərbaycanda, İran səviyyəsində, amma biz İran səviyyəsində danışmırıq. Güney Azərbaycan və Türklər siyasi baxımdan çox dünyadan dağılıdılar. O özümü miclaç qoyaraq bunu dedim ki, çox dalı yox, özümdən deyirəm. Sonra gördük ki, mən məsələn partiləri tanımıram. Çox cəlibdir bu, yəni nə qədər biz besavad ola bilirik, nə qədər siyasətdən uzaq ola bilirik ki, öz siyasi partilərimizi ki, bizdən ötürü, bizim camiəmizdən ötürü, toplumumuzdan ötürü çalışırlar, bunları tanımayaq. Onların ideolojiləri ilə, siyasətləri ilə, düşüncələri ilə, fəlsəfələri ilə, yol xəritələri ilə, istəkləri ilə, amacları ilə tanış olmayaq. Üzv olub olmaq bir məsələdir ki, əgər biz istiyoruz toplumumuz bir vəziyyətdən bir ayrı duruma geçsin, yani bu durum ki əsirlik durumudur, isarət durumudur, buradan çıxsın. Geçsin bir duruma ki orada istiqlal, hürriyyət, azadlıq, rifah, əmniyyət yüksək səviyyədə olsun və dünya insanları, toplumları içində eləyə bilək, başlar içine başımızı qataq, ehtiyacımız vardır ki, siyasi olaq. Çünki insan bir dana canlıdır ki, siyasi canlıdır. Yəni normal canlılar kimi deyil. Məsələn, dəvə kimi, qoyun kimi, inək kimi deyil. Biz insanlar siyasi canlı olduğumuz üçün qolağımızda təşrif gətirir. Yunus bəy Şamili cənabları təşrif gətirdilər. Biraz gözləyin, Cam Şamili bu burada icazə versin, cənabımızı çağırın. Bu qədər bizim gələcəyimizdə təsir qoyan bir vəziyyətdən təəssüflə xəbərsizik və iddia ediyoruz ki, mesela dünyanın da siyasi adamı yok. Bir tane selamun aleyküm. Esselamu aleyküm. Yaxşısınız, halınız yaxşı değil. Çok sağ olun, teşekkür ederim. Umarım ki yaxşısınız, her şey istediğiniz kimi yolundadır. İşler fena değil, yapılır bir şeyler. Şükür olsun, şükür olsun. Tamam. Sevinməlidir. Fena olması özü yaxşıdır yani. Evet, elbette. Arz edirdim xidmətinizə ki, dostlar, bu mühümlükdə, önəmlikdə bir mövzu ki, insan siyasi bir varlıqdır. Əslən, insan, məsələn, ailədə evlənmağına təsmin tutur, bu bir siyasi varlıq, siyasi təsmin tutur. Bundan evlənsin, ondan evlənməsin. Təhrik eşqi deyil. 1000 dana faktoru salır, çıxır, arasında deyir ki, mən bundan evlənib, buna görə ki, məsələn, bunun boyu ucadır, bu güclüdür, bunun ailəsi güclüdür, pulu var, işi var, planı var. Bunların hamısı siyasi düşüncədir. Yəni, bir dana siyasi alver ilə biz yaşırıq toplumda. Hətta dədənənəmizlə qalırıq, qalmırıq, ayrılırıq. Dədənənəmiz nə işi var, nə gücü var. Bunların hamısı bizim siyasidir və bizim siyasi durumumuza təsiri var. Bizim toplumda yaşamımıza təsiri var. Hər şeydəki insan əslində yaşamağı siyasidir. Varlığı siyasidir. Mütəəssifانه bu önəmlikdə məsələdə biz məsələn toplumda o gücləri ki, istəyirlər toplumu değişim yaradanlar, orada tanımırıq. Dostlardan biri zəng eləmişdi, mənə nəqd edirdi ki, sən əvvəl bu programı başlamadan gərək gəliydin təhqiq eləyərin, görün ki, Azərbaycanda neçə parti var, tarixləri nədir, filandır, bəhmandır. Düz deyir, doğrudur, əslində doğrudur. Amma məsələ budur ki, mən həmə çizdən, farslar deyirlər, həmə çizdən. Mən hər şeyi bilmirəm ki, məcburam yavaş-yavaş öyrənəm və bu öyrənmək üçün də çıxdım bu yola. Cənab Şamili, bunu yap sədaqətlə deyirəm. Mən bu proqramı qoymadım ki, çox, yəni qoydum ki, millətdə bir şey öyrənsin. Amma əvvəl özümdən başladım. Mən özümdə bu ehtiyacı gördüm ki, mən savadsızam. Mən siyasət bilmirəm. Mən siyasi adamlarımızı tanımıram, düşüncələrini tanımıram. Bu, yəni, İrani yap dibindən sədaqətlə deyirəm. Bu günləri dostların biri əlaqə saxlayıbdır Almanın Manchester, üzrəm, İngilistanın Manchester'indən deyir, sizdən obuzdan, Cam Şamilidən biraz himayət elədilər. Səsli danışıq üçün göndərmədim xidmətinizə, amma Cam Şamildən himayət elədi, dedi, biz də ona yaxınıq, amma biz milli cəbhə üzvüyük.
Azərbaycan Milli Cəbhəsi belə bir şey varmı? Yol, Elsəs Cənablarıdır, Qeynataşıdır, bunlar zahirən bir təşkilat Bəli, qurublar, bəli. Manchesterdə Ay falan da var. Haşimi, Hakimi, Azərbaycan Milli Cəbhəsi. bəli. Məsələn, mən heç onu məsələn bilmirdim. Onlar cəbhədlə bilirdim. Cənab Hakimi mən Təbrizdə olanda bizim arxamızda durubdu. Elə o zamandan da vardı. Torontoya da gələndə görüşmüşük. Çox da şərif bir insan. Amma bilmirdim məsələn bir parti, siyasi partidir. Təbii ki, elə buradan da istəyirəm. Orada da o dostumuza yetirdim ki, yetirsinlər oranın rəhbərliyinə, komitə mərkəzinə. Hər şey hazır olsa biz hazırıq ki, onların da müsahibə eləyək. Bu, Cənab Şamil, çox sevinməlidir ki, səsimiz yavaş-yavaş elit alanına yetişir. Bu sevinməlidir. Yəni, İttifaqın yaxınlarda Ay Haşimi Stokholm'daydı və bir dostun evində və orada yaxından görüşdük. Biz bir o şansı tapdıq ki, 1-2 saat, 2 saat, bəlkə də 3 saat belə ciddi, həyəcanlı söhbətlər apardıq. Çox da gözəldir. Yəni, vaxt azdır, gedəcəkdilər, amma 1-2-3 saat, bəlkə 1-2 həftə bundan qabaq yaxından görüşmüşəm, əlbəttə. Azərbaycan Milli Cəbhəsində çağırdılar. Onlar bir məcəllə çıxardırdılar, Sovyetdə iştibai eləməsəm. Mənim də yazılarımı çıxardardılar orada. Bir dəfə də mən onları burada Torontoya təşrif etmişdilər. Mənə Xatırat-ı Yek Sərbaz adında bir kitabları var, yazıları var. Bəli, Ay Haşimin kitabıdır. Bəli, onu da mənə töhfə etdilər. Çox sağ olsunlar. Hərdən oxuram. Yəni, daimi oxumam, çünki başlayam, oxuyamışam, amma hərdən kitabxanamda da götürürəm, oxuram, ziyarət elərəm. Amma hər halda istəyirəm bunu deyəm ki, vaqən Cənab Şamili, İranda bizə bir təvəhhüm yaradıblar. Ki biz hər şeyi bilirik, dünyada hamıdan üstü, hər şeyi bilirik. Hər kəsdən soruşsan hər şeyi bilir. Göylərdən danış, atomdan danış, cərrahidən danış, mühəndislik, hər şeyi biz bilirik. Amma gəl dünyanın ən geri qalmış millətidir. Milləti bu heç zat bilmirik. Mən də bunların içindəyəm, mütəəssifanə, mən də bu təvəhhüm-i danaiyə mübtəlayam. Bu təvəhhüm-i danaidən çıxmaq üçün dostlarla tanışırıq, öyrəşək. Bəzən məni çox bəyişdiyin, əgər cədələ girirəm, çox üzr istəyirəm dostlardan, qulaq asanlardan da. Amma onlar o mövqelərdir ki, mən öz içimdə bir challenge düşürəm. Vaqiə inanın, yəni mən içərimdə bir düşüncə insanım da, yəni beynim var, beyni olduğu üçün düşünürəm. Bu beynimin içində birdən bir sözlər gəlir ki, qatışıram bir-birinə, simlərim qatışır, onlara həll edilməyə, çözməyə çalışıram. Hər halda, çox təşəkkür edirəm, təşvik etdiniz. Mən də çalışıram ki, siz o düyünləri zehninizdə çözməkdə əgərsə yardım olacağımsa, yardımcı ola bilərəmsə, çox sevinərəm ki, həqiqətən bu düz sözdür ki, biz bunu dünənlərdə danışığımızda izah etdik ki, biz bir dənə geriyə qalmış ölkədən gəlirik. O geriyə qalmış ölkə keçən 100 ilin, yəni modern tarixin tamamı 100 ilində sansor, diktatorluq, istemar, yəni hər türlü biz zülmə məruz qalan bir xalqıq. Yəni, məlumata ulaşma imkanımız yoxdur. Çünki sansordur orada. Yəni, sansor elə normal insanlar xəbərsiz, sansorun nəticəsi xəbərsizlik də, xəbərsizlik yəni bilimsiz və onun sonuclarının, yəni bu sansorun faciəvar nəticəsini sizə bir daha bir misal ilə vura bilərəm elə indi qısa. İran Cumhuriyyə İnqilab Şah əleyhinə, Şah istibdadının əleyhinə inqilabın sonucu o sansorun nəticələrindən, sonuçlarından biriydi. Yəni necə? Dini istibdad tarixdə 200 il, 300 il bundan qabaq dağılıb və hər kəs bunu bilir və Avropada yeni dövlətlər sekülərizm əsasında qurulmaqdadır. Və hətta bizim, yəni İranın özündə də məşrutiyyə devrimində birinci dəfə modern tarixin başlanğıcında yazılan anayasada bir sekülər dövlət məqsud olmuşdur və o sekülər dövlət məşrutiyyət tərəfindən qurulmuşdur. Amma baxmayaraq ki, istibdadın və sansorun hakimiyyəti ölkədə 56 ildən sonra, Pəhləvilərin hakimiyyətindən sonra istibdadı yıxanda və köçəndə xalq hangi sistemi seçəcəkdir deyə, nə istir deyə heç bir şey bilmirdi. Bir Xümeyni kimi bir malla meydana gəlir, hamı üçün heç zat bilmirdi. O bir şuar atır meydana, hamı qaçır 200 il, 300 il
bu tarix, yəni dinçi dövlətin tarixi ləğv olandan sonra İranda 98% insan bir dini hakimiyyətə səs verir. Yəni görün bu insan, bu istəyən, bu sansor insanı harada saxlaya bilər? Yəni əməldə insan 57-ci ildə İranda hökumət seçəndə 250 il tarixi siyasətdən dalı idi. Əlbəttə bunu da Yunus bəy, mən mediada olduğum üçün, media təxəssüsüm olduğu üçün biz Xomeynini heç kəs tanımırdı. O 98% buyurdusa, o 98-in 99%-i tanımırdı. Yəni İranda Xomeynini tanıyanların sayı 50 nəfərə çatmazdı İranda. İranın başında. Amma BBC, radyo BBC bunu bizim beynimizə soxdu. Bizə rəhbər yaratdılar. Yəni baxın biz tanımırdıq ki, bizə yaratdılar, yontadılar, qoydular boş qaba, dedilər, bu sizin rəhbərinizdir. Biz də heç zat ki bilmirdik, cahil bir millət, getdik, dədə-babalarımız da, mən də uşaq idim, amma biləxərə mən də olsaydım, mən də onlara tay olacaqdım. Yəni mən dədəmdən fərqli olmayacaqdım ki, məsələn, filan döktür rəy veribdi, filan mühəndis rəy veribdi, filan mütəxəssis, ulum siyasi mütəxəssis, tudə rəy veribdi, mücahid rəy veribdi də, mən məsələn şey deyiləm ki, bir imtiyaz. Dəqiqən də o bilməməzlik sansorun sonucudur da. Sansor, yəni insanın... Həm 10-cudur, həm də o bizə lider təyin edir tarixdə. Keçən neçə yüzildə bizə lider təyin edirlər, bizə gələcək təyin edirlər, bizə indi durumu təyin edirlər. O durum orada onu yarattı. Ərafdan onu götürdü, gətirdi Fransaya. Gətirdi radyo, televizyona, ruznamiyə, verdi onun əlinə. Alternativ də qoymadı onun qabağına. Onun qabağında alternativ də yox idi ki, zehni seçsin. Hidayət bəy, İndi alimlərin ixtilafı, birinci ixtilafı, Büyünün ixtilafı başlanandan meydana gəldi. Alimlər, yəni mənlə sizi deyirəm. Doğrudur. İxtilafımız meydana gəldi. Baxın, bir ölkədə, bir xalqın beynində bir fikir olursa, müəyyən bir zehniyyəti və ağalığı olursa, xarici ünsürlər ona nəyi seçin, nəyi seçməyin, bu sizə yaxşıdır, o sizə yaxşıdır qəbul edərlərmi? Əgər bilsələr. Ağahlıqlar olsa. Yalnız ağahlıq olmayan yerdədir ki, populistlər, xarici ünsürlər o beyni zehniyyəti soğalacaq bunu seçin. Çünki beynində ayrı şey yoxdur. Ayrı şey tanımır. Siz fikr edin ki, İran İslam Cumhuriyyəti gəlib alternativ seçəndə buna rəy verin. Hə ya yox dedilər da. Amma fikr edin ki, orada deyərdilər ki, bir cumhuriyyət var, bir də federal cumhuriyyət var. Və bir 6 ay fürsət verərdilər ki, onun tərəfdarları cəmaətə deyirlər ki, federalizm, cumhuri federal nədir? Bir cumhuriyyətçilər deyir, cumhuriyyət nədir? İslam Cumhuriyyəti bəlkə %50 də gətirməyید. Bəlkə gətirəydi, amma %50 gətirərdi, %97 gətirməzdi. Yəni, əsasda məsələ cəhlidir, naağahlıqdır və bu naağahlıq hardan gəlir? Sansor və sərkubdan gəlir. Yəni, bu deyir ki, əgər sizin kimi düşünsək ki, xaricilər bizə deyir, onu seç, bunu seç, onda yəni biz onda yoxuq ki da. Bizim naağahlığımızdır ki, xaric olan Xomeyni xarici ünsür deyil, daxili ünsürdür. Mallalar ilə inqilab məşrutiyyətdə də vardılar. Daxili ünsürdür, amma üçün cəhl var və boşdur buraya, yəni ayrı bir şey yoxdur, alternativ yoxdur. Sən də olsan, mən də olsan, birinci alternativdə bundan sonra başqasını tanımıram ki da. Bir daha qoyun bir misal vurun, bir zərafatlı bir misal. Mənim bir dostum var. Taza dün danışqa qutarmışlar, dostlarının biri evlənmişmiş yalnız. Bir neçə ildən sonra gedirlər onun evinə, oğlan dostlar da, gedirlər evinə bir çay içirlər filan. Yəni dostların təhliyəndə xanım, məsələn, mətbəxdə olanda soruşurlar, nə cürdür? Xanım yaxçıdır. Deyə mən ayrısını görməmişim ki, bu yaxçıdır da. Yəni, bilməm ki, ayrısı nədir olar. Burada da bu bilmir ki, ayrı sistem, yəni İran zeyni var deyə yoxdur. Olsaydı, bilsəydi, bəlkə bu qədər bu Cumhur-İslami rəqət, bəlkə də yəqinən bu qədər rəqətməzdir. Sansorun rolu təyin edici oldu. İndi diqqət edin bura ki, burada bir dərs almış ola bilər tarixdən. Bu mənada ki, İran İslam Cumhuriyyəti seçiləndə 56 ildir İranda sansor vardı, Pəhləvilərin hökuməti. İndi ki, oturmuşuq burada danışırıq, 100 ildir, dəqiq 100 ildir İranda sansor var. Yəni bu sansorun sonuçlarının gözdən atan, görməyən, diqqət mərkəzinə almayan bir siyasətçi, düzgün strateji
Qura bilməz. 107 ildir. Mən hesabladım. 107 ildir. Da siz daha yaxşı 7 ildə artırın üstünə. Mən o qədər münaqişəli, o sahələrdə çox münaqişəli deyil. Çok sağ olun. Teşekkür ederim. Her halde ne diyorlar? Bu yoksunluğu bu beynimize biraz siyasi vəziyyəti düşünmək üçün bu programı gətirdik. Umarım ki faydalı olsun. İnsanlarımız gəlsinlər və buna keçsinlər. Dostlar gəlirlər, salam yazırlar cənabınıza mənə. Dostlar, tüm ciddi müsahibədə yox, kəsib salamlarınıza cavab verəmirik. Bunu ədəbsizlik hesablamayın. Hey yazırlar sonra, niyə cavab vermirsən? Təşəkkürlər. Mən də bir izah verim ki, mən telefonum məndən uzaqdır, mənim əlim yetişmir ona. Ona görə, yəni, altıda çox oxuya bilmirəm. Çünki danışırım ki, biraz təmərküzüm olsun. Ona görə. Ona görə orada oxuyam, çox üzr istəyirəm onlardan ki, üzr istəyirəm onlardan ki, mənə yazırlar, mən cavab verəmirəm. Yox, mən də görürəm, amma cavab versək şey olar. Mövzu qırılar. Beynimizdə o mövzu qırılar. Xəttdən çıxarıq da. Əhsən. Ərz edin xidmətçi dostlar, düşüncə bağı programın aparırıq. Bu günləri 3-cü partinin xidmətindəyik, partidən. Mən bir daha izah vereyim bura getmədən. Siz düşüncə bağı adını qoymuşsunuz və onu o gün gördüm ki, siz onu farsi otağı fikri tərcümə elədiniz, düşüncə bağın. Otağı fikri deyirlər da, dedim o farsca. Onun türkü adı var da, niyə düşüncə odası olmasın? Düşüncə odası. O farsını deyirəm ki, onlar da bilsin. Biz bunu düşüncə otağı demədik, yerinə bağ dedik. Buna görə ki, indi məsələn, partiləri özləri bağdır. Bağ dediğinde yani Gülistan, yani herkes var orada. Gülistanlı. Yani bağlılıktan gelmir. Yani yok, mən burada bağ gətirmişəm. Bağı bostanlar. Hər ikisi də olur. Həm bağ ilə hər ikisi də siz ona bağlısınız. O sizə bağlıdır. Toplum bir-birlərinə bağlıdır. Eyni halda bir Gülistanlıqdır. Yəni fərqlilikdir. Mənim burada bir balaca həyətdə otururam. Onun həyatında bir 10.000 dana gül əkmişəm. Məsələn, bunların 10.000 dana belə gül çıxır. Hələsi bir şey. O da bir bağ olur. Hamısı bir-birinə də qəşəng keçinir. Bu hesabıran adıyla o öz həyatınızdan, bağçanızdan gəltirirsiniz bura. Ola bilər. Əncəliyim xidmətçisə ki, biz partiləri birinci proje götürdük. Partiləri çağıraq gəlsinlər, lütf eləsinlər. Öz düşüncələrin, fəlsəfələrin, ideolojilərin, yol xəritələrin, təriflərin bizə desinlər. Biz biraz bu cəhətdə hazırlanaq və dahillikdən acıdan çıxaq. Birinci parti Güney Azərbaycan İstiqlal Partisi Cənab-ı Salih İldırım cənabları təşrif gətirdilər. 6 gün burada huzurları oldu. 5 gün milli ərdəmli unvanını aldılar. Bir gündə ən ərdəmli. Ondan sonra Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı Başkanı gələcəyidir. Mütəəssifanə Əjdər bəy Təqizadə cənabları və onun həmkarları gəlmədilər. Mən dünən də mesaj qoymuşam, bu gün də mesaj qoymuşam, mütəəssifanə oxumur. Yəni, əmdən deyirəm və oxumur, çünki WhatsAppda hər nədir olsa onu görəcəkdir. Oxumur, bu günləri şeydən də qoydum, Instagramdan da qoydum ki, bəlkə özləri mənə bir şey göndərirlər, görsünlər ki, mən də göndərirəm. Yox. Hər halda yenə dəvətimizi təkrar edirik. Təşrif gətirsələr programın axirində yenə onlara yer veririk. Ən sonuncu parti olaraq eləyə bilərlər ki, bu nömrələri 60 mənfi nömrə alıblar, onu aradan apararlar. Eyni halda bizim toplumumuz onlardan cavab istəyəcək. Yəni mən bir nəfər olaraq istəmirəm burada. O insanlar ki, burada reaksiya göndərirlər, götürürlər, gəlirlər. O parti deyir, mənim bu imkanımdan istifadə elə, bu televizyon deyir, mənim bu imkanımdan istifadə elə. Bunlar hamısı o partilərdən cavab istəyirlər əslində. Bu tək İnsaf Əli Hidayətin deyil, yaxşı unutamam, İnsaf Əli Hidayət deyil. Üçüncü parti Azərbaycan Demokrat Partisi tərəfindən Yunus bəy Şamil cənabları əlan huzurunuzdadır. Təşrif gətiriblər. Keçən 4 gündə, 3-gündə milli ərdəmli imtiyazın unvanını birindən alıblar və bir gündə ən ərdəmli, o gündə Sehriqani cənablarına bir nəqd də deməsək bir işarə elədilər. Onun üzrə Sehriqani cənabları da dəvət eləmişik. Bu gün və sabah da vaxtları var, təşrif gətirsinlər. Mən burada adlarını görsəm, çağırıram, gələrlər içəriyə. Öncədən mənə xəbər də versələr, yenə də çağırıram, gələrlər. Hətta mənim fikir WhatsApp'ım da onlarda vardı, yazsalar yenə də mən gətirirəm. Yəni o şey daşımır, mənə heç məhdudiyyət icad eləmir.
İndi biz dünənləri cənabınızla, cənab Şamili ilə bəhsimiz istiqlalda qaldı. İstiqlalın siz hər halda çünki federalçısınız. Mən burada istiqlalı söyləyəcəm milli dövlətə. Cənabınızdan milli dövlət soruşacağam. Sizin üçün milli dövlət sahibi olmaq önəmlidir yoxsa rifah? Milli hakimiyyət olmaq sahibi olmaq önəmlidir yoxsa rifah? Sualı başa düştüm. Bakın, bence bu çevrişi olmamak lazımdı. Yani sizce istiqlalda yap şeydi. Yani onu devam edin bence. Tamam. Çünkü milli devlet dediğinde hem biz federalistler ve hem istiqlalcılar her ikisi de milli devlet isterler. Doğru. Yani milli devletin kuruluşunun taraftarıdırlar bir türlü. Ona göre orada biraz karışar bir bile mevzu. Yani bilirsən də bu söhbətlərin hamısı aydınlıq üçündür daha. Biz yani bazı fərqli pərdələri açırıq ki, hər kim qulaq asır, öz fikri ilə öz fikrini formalaşdırmağa yaxşı imkan tapsın. O deməkdir. Yani birine dəst vermək mənasına gəlmir. Bəlkə burada mövzunu yəni əyarlama, məlumat, lazımi məlumat, informasiya və bilim meydana gəlsin, yəni insanın fürsət tapsın ki, fikrin formalaşdırmada dərin fikir formalaşdırsın. Ondan ötürü. Yaxşı, ondan sonra sual milli devlet mühimdir veya rifah. Onda soruşaram ki, sizin üçün istiqlal önəmlidir yoxsa milli devlet kurmaq? Rifah, üzülsəm, rifah. Yok. Onu ocusu olmayacaq onda. Milli devlet veya istiqlal deyəcək onda. Yok, rifah. Çünkü rifah. Elbette ki devlet olmayınca ne rifah? Rifahı devlet kurar. Tamam. Ona göre ister istemez yani kategorize etsek de evvel devlettir, sonra rifahın kurulmasıdır. Ona göre birinci defa rifah kurulup sonra devlet kurulmaz ki, o bellidir cevap yani. Birinci defa milli devletin kurulması, ondan sonra onun esasında o devletin kök salması, gelişmesi, daimi olması, hayatta kalmasının garantisi rifahdır. Doğru. Şimdi eğer milli devletle istiqlalı hangisini tutarsınız? Çok güzel bir sual. Yani buraya gələndə, yani çok mühüm meseledir bura. Yani indi iki tane teori vardır yani sahada. Yani bizim elə Güney Azərbaycanımızda da bu veya İran'da Türklerin içinde. Yani Güney Azərbaycan dediğinde mənə biraz kısıtlı olur söz. Mən baktığımda Güney Azərbaycan İran'da yaşayan Türklerin en büyük bölümü, en mühüm bölümüdür. Ama bir bölümüdür. Hamısı değil. Bence Tehran, Kərəz ve başka yerler var. Ona göre bizim stratejimizde 32 milyon insanın potansiyelin o stratejini ya o milli devletin kuruluşu ve demokratik haklarını elde etmesi. Yani bizim Türklerin iki stratejisi var. Bir, Azerbaycan'da devlet kurması. İki, Azerbaycan'dan harici İran'ın başka bölgelerinde Türk halkı fərqli formalarda demokratik hakların elde etmesidir. O çok mühimdir. Yani iki strateji. Bizim təşkilatın strateji tərifində də onun adı paralel stratejidir. Yani bir xalqıdır. Ama bir xalqıdır müəyyən duruma göre fərqli iki strateji şeyindədir. Yani evet, mücadiləsindədir. Yaxşı. İndi burada iki tane teori vardır. Biri ki, acaba, sual budur. Acaba milli devletin federal çərçivəsində, yani milli devlet deməyək, deyək ki, milli müqəddərat da, əsas milli müqəddəratdır. Çünki milli müqəddərat gerçəkləşəndə o milli devlet əldə olur. Milli müqəddərat gerçəkləşməyən, yani milli müqəddərat dediyində uluslararası hukuk meselesi. Bu hayati bir meseledir. Yani biz hukuk, yani bakın bir de burada bir dinamik pencere açım. Bizim siyasi analizlerimiz bugün, eləlxüsus 2. Dünya Savaşı'ndan sonra, eğer siyasi stratejimiz müəyyən dərəcədə zemin hukukiye oturmursa, yani hukuki destek, yani uluslararası hukuktan ve iç hukuktan, ikisinden de almırsa, ilerlemesi zor, çok zor, çok çətin olacaktır. Ona göre o kadar ki mümkündür. Çünkü İran'ın içindeki hukuk bize destek vermiyor. Yani ne bu hukuk, ne de geçen rejimin yani Məşrutə inqilabının
anayasası. Əlbəttə məşrutiyyət inqilabının anayasasında da necə bir şeylər vardı. Məsələn, burada da bir şeylər yazdım, amma yine o bundan çox yaxşı idi. O orada deyildi ki, Azərbaycan bir iyalətdir və iyaləti özü idarə etmə haqqı vardı. Orada o rəsmiyyəti tanınmışdı. Amma çox səviyyəsiz, yəni aydın olmadan, amma aydınlaşdırılmışdı hər halda. Amma İran İslam Cumhuriyyətinin qanun əsasında heç zat yoxdur. Yəni əməldə heç zat yoxdur. Amma sözdür, yəni dillə gəlsin, o dilin yanında, dilin adını çəkmədən, xalqın adını çəkmədən eləyə bilər orada qeyri-rəsmi. Hər halda çox pis və zəif və çox antidemokratik model vardır. Yəni ona görə siyasi stratejinin gerçəkləşməsinə nə qədər hüquqi dəstək varsa, o qədər onun gerçəkləşməsi mümkün və o qədər onun gelişməsi əlverişlidir. Ona görə ələlxüsus bizim mücadiləmiz milli mücadilədir. Bax, iki türlü mücadilə gedir bir ölkədə. İranda iki türlü mücadilə gedir. Demokratik mücadilə, milli mücadilə. Milli mücadilə dediyində bu mənada deyil ki, demokrasini istəmirlər. Əlbəttə ki, biz İranın, bunu da burada deyim, İranın ən yüksək və ən mühüm sorunu demokrasi sorunudur. Niyə? Əgər biz istibdadı endirib onun yerinə bir demokratik devlət qurulursa, o demokratik zəmində sən həm milli haqlarına mücadilə edə bilərsən, qadınlar öz eşit haqlarına, işçilər ədalət üçün və insanlar azadlıq üçün mücadilə şərait yaradır demokrasida. Amma demokrasi olmayan yerdə sən milli haqlarda çalışa bilməsən. Bu da bugün İran İslam Cumhuriyyətində demokrasi yoxdursa, məsələn, Türkiyədə bir fəza var da İranla müqayisə edəndə çox məsələn imkanlar var. O imkandan istifadə edib, məsələn, deyə də məsələn, kütlə cəhəb oturublar məclisə, parti düzəldilər, mücadilə ilə də cəhəb oturublar məclisdə filan bir şeylər istəyirlər. Fəza yaranır yəni. Amma istibdad olan yerdə bir şey yoxsa, iş görənməsən. Ona görə demokrasi İranda ən önəmli sorundur. Və siyasi mücadilədə, yəni milli mücadilədə onun zəminində oturur. Əsasən bugün milli mücadilənin çox yaxın İranda demokrasi qurulması ilə çox yaxın bağı və əlaqəsi var. Yəni bizim teorumuzda İranda demokrasi qurulması milli, yəni İranda xalqların və ya bölgələrin öz müqəddəratını təyin etməklə çox yaxın, yəni bərabər bir şeydir. Yəni bu öz müqəddəratını xalqlar təyin eləmə bölgələrdə haqqı tapdıysalar İranda demokrasi qurulmuşdur deməkdir deyə İranda. Bu şərait vardır. Ona görə biz indi bunu əgər sual fəqət biraz mekaniki formada əcəba federalizm sistemində milli müqəddərat təyin olub o istədiyimiz devlət öz bölgəmizdə qurulabilirmi və ya istiqlalda bu iş olabilir? Bugünkü cavab budur ki, ikisində də olur. Yəni burada da milli müqəddərat təyin olur üçün sən seçirsən də, zorakılıq deyil bu. Sən seçirsən. Yəni siyasi ilzamatın içində seçirsən. Burası biraz zərafətlidir, bu doz 2 verirəm. Deyəndə istiqlal, çox sadə bir şeydir. Yəni buradan kəsədik, ayrılacaq ki, bir müstəqil, bağımsız bir dövlət quraq. Çox sadə, bitdi. Amma sən onu seçəndə, yəni strateji seçəndə, strateji faktorların nəzərə almayıb strateji seçəndə, o strateji əməli olan bir, yəni əlverişli strateji deyilsə, sənin enerjin, potansiyelin məhv olur, aradan gedir. Yəni qeyri-lazım yerdə sərf olur. O enerji gələcəkdir, potansiyeli yığışacaqdır bura, bir şey olacaqdır, bir şey əldə edəcəkdir. Ona görə bizim mübahisələrimiz istiqlal federallik format dəqiqən bu faktordan ötürdür. Əcəba yanlış siyasət, yanlış strateji necə? Əcəba deyil. Bu yanlış strateji nə qədər bir xalqın potansiyelin enerjisi. İndi məsələ bu da, hangisi yanlışdır? Çünki yanlış kəlməsini işlədəndə biri yanlışdır. Hangi faktorla deyirsiniz biri yanlışdır? Məsələn, onu indi gələcək. İndi onu, yəni Davaşov bugünün bəhsində elə ümid edirəm ki, oranı bizə daha çox açıqlaya bilər. Yanlış nədir, doğru nədir də biraz sözlər deyə bilər orada. Siyasi sahədə əlbəttə hər kəs nə düşünür, haqqı var, düşünsün. Amma zəmini siyasi, ya zəmini hüquqi, ya hüquqi dəstək ələlxüsus üçün istiqlal məsələsidir. Hüquqi dəstəyin, uluslararası hüquqi dəstəyin olmayan yerdə buna baxaq tarixin təcrübəmə görə necə ola bilir. Amma gəlin əsli sual bir cavab verək, ondan sonra oraya yetişəcəyik. Əcəba
milli müqəddərat federal bir sistemdə bərqərar olur. Federal sistemin tərifində deyir ki, bərqərar olur. Bu bir seçimdir da. Bir xalq. Biz indi gedəcəyik Azərbaycanda, məsələn, rejim yıxılacaq, biz gedəcək məclis quraq da Azərbaycanda. Bu son bəhslə gedək. Yəni istiqlalı bu taraf gedək federala, federal bölümü ayrıdır. Orada mən federalizmi onda bu cür. Onda bəs bu cür cavab. Onda bu cür cavab verim. Deyim ki, sorunu təkrar edeyim. Sizdə oradan kimi qısa cavab verin. Bunları yetişdirmək olmaz. Bugün və sabah. İstiqlal önemlidir yoksa dövlət? Milli dövlət. Milli hakimiyyət, milli dövlət. Mənim nəzərimdən hangisi ki əlverişlidir, doğrudur. Onun əsli cevabı budur. Tamam. Hangisi ki əlverişlidir deyəndə bu söz ki deyir ama əlverişlidir. Yəni imkanı təhəqqüqü vardır. Hangisinin imkanı təhəqqüqü vardır, o düzdür. O sənin milli haqqı və milli dövləti sənə verəcək. Hər ikisində dövlət var. Federalda da dövlət var və istiqlalda dövlət var. Formu fərqli, o da bağımsızdır. Burada başqaları ilə bir yerdə dövlət sürürsən. Yəni yine özün seçirsən. Amma indi deyərsək, məsələn deyək. Bizim misal olmayan şeyler bir ayrısını misal olmayan. Məsələn, Bəluçlar. İranda bilmiyorum 1 milyondular, 2 milyon bir cəmiyyətdir. Yaxşı, istiqlal İranda desə, məsələn, Bəluçlar istiqlal şüarı verirsələr, şəraitə baxdığımızda da bilirik ki, məsələn, ordunun bir tərəfini göndərəcəklər bir həftə, 2 həftə, 3 həftənin üstündə orada əzib tankçılardan geçidəcək xalq, bitəcək ki, o şimdi alsa, Bəluç xalqı nə heç bir şey əldə etməyəcək, bir şey viranlıqla qarşı-qarşı edəcək. Ömrü billah yine zəlalətdə yaşayacaq, amma desə federalizm, gələcək Kürt öz yanında görəcək, Türk öz yanında görəcək, yəni kimi öz yanında görəcək, bir potansiyel olacaq kimi ölkədə. Deyəcək, aha bu... İndi əcəba, məsələn, Bəluçlar deyəcəklər istiqlal, ərəblər də, türklər də, türkəmənlər də desələr istiqlal nə olur? Qoyun, mən bir də siz bunu dediniz, mən sizə deyim, baxın, Bəluçlar deyəcəklər istiqlal, Türklər deyəcəklər istiqlal adında bir şey yoxdur. Türklər, indi deyirəm. Fəqət Türklərin aktivistlərinin, bax, dünən dedik aktivistlər 1-5%, 5% cəmiyyət olur. Fəqət Türklərin, bu aktivistlərin bir bölümü istiqlalçıdırlar. Bəluçların o 5%'den bir bölüm istiqlalçıdırlar. Yani 95% buna ait değil bu siyasete. Yani siz değilsiniz ki bir toplumun 5-3% mesela hamısı ki demir. İndi Bəluçların en mühüm təşkilat, tanınmış təşkilatı Hizb-i Mərdum Bəluç, yani təqribən çox ciddi tanınmış bir səviyyədə fəaliyyət edirlər. Və federalistlər bizdən bir işbirliyindədir. O Kongre Milliyyətə İran Federalının aktiv ünsürlərindən biridir. Yəni, ərəblərə gələndə ən tanınmış təşkilatı, federalist təşkilatlar, kongrede vardılar, tanınmış bir təşkilatlar və yəni çoxdan dolardı. İndi onların içində istiqlalçı var, balaca təşkilatlar. Amma yəni bir bölümü Azərbaycanda, diqqət edin burasını, fəqət Azərbaycandadır ki, istiqlal təşkilatların sayısı çoxdur. Mən soğuşdum, Kürtlərdən də soğuşdum. Ama bu bir hafta bundan qabaq bir iclas var kongrede. Bəluçlardan da soğuşdum istiqlal. Bəluçlarda iki dana istiqlal təşkilatı var. Kürtlərdə bir istiqlal təşkilatı var. Ərəblərdə də bir istiqlal təşkilatı var. Azərbaycanda 12-13 bəlli deyil. Bəlkə 12-13 tane təşkilat var. Bu yəni göstərir ki, Azərbaycanı biraz özel araştırmaq lazımdır. Yəni siyasi araştırmaq lazımdır. Məqsud bunu deyim, sizin cevabınız odur ki, demeyin Bəluçlar istədi ərəblər, bu düz söz deyil. Necə ərəblər? Ərəblər hamısı, mesela Türklər hamısı istiqlal istədilər. Ki ərəblərin hamısı istiqlal istəsin. Bir bölüm Cənab Şamil, o dəlil olmaz. Onda mesela Türklər hamısı federal istəmir. Farslar əslər istəmir. Mən dedim də, yox, dəqiqən. Elə odur da, hamı federal istəyir, yox istəmir. Məlum istəmir hamı federal. Amma hər millətin hamısına müraciə eləməzlər ki, hər millətin öncülləri, yəni liderləri, düşüncə sahibləri fikri aparar qabağa. Millət onu sərbaz kimi gələr. Ordunun sərbazı kimi olar. Bakın. Siz Azərbaycanda dedik ki, gəldik, bu yıxıldı bu rejim. Gedirik
Gərək seçim ola, hakimiyyət qurmağa seçim lazımdır. Yəni xalq bir məclisə rəy verməyincə, səs verməyincə, bir məclis qurulmayınca, o məclis hakimiyyəti seçməyincə hakimiyyət adında bir şey tanınmaz, heç də olmaz. Yəni o cür bir şey olmaz. Quruhi siyasidir, mən istiqlal. O müddətdə keçici dövlət qurulur. O keçici dövlət bir şeydir, yəni hakimiyyətdir. Özdə bir müsəxxəs ideoloji ilə gəlir hakimiyyət. Yox, legal hakimiyyət deyil. Legal hakimiyyət fəqət məclis qurulandan sonra olar. Legal hakimiyyət, yəni sən gedəcəksən hər halda bir seçimə. 3 ay, 5 ay, sən gedəcəksən seçimə. İndi o seçimdə ya azaddır, məsələn bir qruhun qələbəsi çalsa, o bizlə əzəcək, fıraracaq, cəngi daxili salacaq, qoymasın gəlsin məclisə. Onda yəni iç savaşı çıxacaq. Əgər yox, desəm ki, tamam, məclisə hər kim gəlsin, iştirak eləsin, hizblər gəlsin, iştirak eləsin, o məclisə nə qədər istiqlal seçiləcək. Yox, qoymayın, bir dəqiqə. Mən deyirəm ki, bizim danışığımızda, biləsə, bizim danışığımızda bu mənada olmasın. Bax, bu ki, hamı federalistdir, hamı istiqlalistdir. Bu cür bir şey yoxdur. Bir İran, bu cür Azərbaycanın özündə bu cür var. Bəlli deyil ki, bunun nə qədəsi mərkəzlidirlər. Bəlkə yarısı mərkəzlidirlər. Bilmirik biz bunu. Onları biz bəhs eləmirik ki, biz indi Azərbaycan Demokrat Partisinin düşüncəsi bəhs edirik. Dürəm. Tamam, yox, bir mənzur. Çünki o birisi tərəfə atlayanda çıxırıq, onların tərəfindən danışmaq istəmirik. Cənabınızdan əsl istəmirəm soruşuram ki, məsələn, istiqlalçılar nə düşünürlər, İrancılar nə düşünürlər, bəncilər nə düşünürlər? Mən ola istəmirəm deyim. Qavramları düzgün istifadə edilmək. Yəni, cümlə işi gətirir ağzımıza müstənəd cümlə. Demə olmaz, türklər istiqlalistlər, ya türklər federalistlər. Bəlkə deyək ki, türk toplumunda istiqlaliyyət məfkurəsi vardır və federal məfkurəti var. Bunların nə qədər tərəfdarı var, bəlli deyil. Ona görədir ki, biz bu günləri oturmuşuq, mübahisə edirik, danışırıq, görək, nə etmək, nə əlverişlidir deyə. İndi qeydək əsli sualımıza. Sizin sualınızı deyim bir də. Ərz edeyim ki, indi mən nə istəyirəm? Mən cənabınızdan qısa cavabları istəyirəm ki, eləyəb laf gedək qabağa. Biz həm bəhsə giririk, həm də ki, çox uzun gedirik. Misalcaq gətiririk krallığın içində. Tamam. İstiqlalı, indi cənabınız bir teorisyen olaraq. Qıraqda durmuşsunuz, deyirsiniz ki, bir iddia adam istiqlalı istəyir. Mən istəyirəm ki, istiqlal əlverişlidir ya yox? Bu sualı, bu fərzinə cənabınızdan sual soruşuram. Federalçısınız, amma bu fərzinə. İstiqlalı əldə etmək üçün ən önəmli və lazım olan işlər, şeylər, vəziyyət, durum nələrdir? İstiqlalı əldə etmək üçün. İstiqlalı, yəni mən cavablarımı vermişəm, amma indi sən biraz elə cəmbətdir edeyim. Yəni ki, istiqlal İranda əlverişli deyil birinci aşamada. Sonraki aşamalarda mətrə ola bilər. Mən də özüm də onun yolunu göstərmişəm. İstiqlalçılarla federalçılar necə birlik əldə edə bilərlər, yürüyə bilərlər bir hakimiyyətə ki, orada anayasaya istiqlala hüquqi dəstək yazsınlar. Yəni, anayasaya geçsinlər ki, bölgələrin ayrılma, de facto haqqı rəsmiyyətə tanınır. Yəni, o məclisin %51'in əlimizə, yəni biz yox da, demokratlar İranda, Türklər, Kürtlər, Bəluçlar və mərkəz demokratlar. Yəni, federalistlər ala bilsələr %1, orada hüquqi dəstək, şey kimində, dəqiqən necə Əraqda bu iş olubdur. Olsa, oraya geçsə, ondan sonra biz necə tapaq? Biz statüse ki, sizin Kanada'nı taparıq, ya Ərağı taparıq ki, bir şəraitdə Azərbaycanın məclisində referendum layihəsi gəldi bir hizb tərəfindən istiqlalçıda, bu qanuni bir istəkdir. Buna dayanmaq lazımdır, odaqlanmaq lazımdır, bir iş lazımdır. Hər halda bir gün, yəni şərait müsaade olduğunda bir referenduma geçmək olur. Amma bizim indi söhbətimiz budur, sizin sözünün cavabında. İstiqlal şuarı bugün Güney Azərbaycan üçün nə əlverişlidir, bax, xülasəsini deyirəm. Çox farklıdır, nə əlverişlidir, çox da zərərlidir. Baxın, həm deyirəm əlverişli deyir, həm zərərlidir, çox zərərlidir. Bizim siyasi gücümüzü, yəni yasa dişi istiqlalçılardan danışırıq, yasa dişi istiqlal istəyənlər.
mən dediyim istiqlal, yəni yasa yolu ilə istiqlal alanlar yox. Yasa dışı istiqlal. Yəni bu gün nə deyir ki, rejim çöktü, sabahlar istiqlal elan eləyəcək. Bunlar məsələdirlər. Azərbaycana problem, yəni Azərbaycanın problemlərini çoxaldacaqlar. Həm də çox çoxaldacaqlar. Eyni halda dünən nəsə, bir dəqiqə bunu deyim. Dünən mən sizə dedim ki, orada hətta bizim topraq itirmə, çox geniş vasitədə topraq itirmə və hətta kürdlərə, o ilhaq tələb kürdlərə bu mücadilə, istiqlal şüarı Azərbaycan qərbinin tuzmasına, onu əldən verməsinə belə şərait yaradırlar. Elə bir həssas durumdur. Elə bir həssas durumdur. Biz İranda ta o zamana da ən yüksək gücü əldə etməmişik milli haqları əldə etmək üçün və o zamana qədər ki, hüquqi dəstək bu istiqlal üçün düzəl bir qanun əsasında, anayasada bu iş içəri hüquqda. Bir dəqiqə, bir cümlə. Yəni, okey, mümkün deyil indi qulaq asa, mümkün deyil ona qulaq asmayın, ona görə deyirəm. Yəni, baxın, məncə iç və dış hüquqda dəstək olmayacaq bir strateji, istiqlala fəqət, istiqlal, o imkanı əməl olmağı yoxdur. Federala da eyni şükrüdür. Federala da olmasa ona da heç deyil. Əsla elə deyil. Əsla. Bir dəqiqə. Federalizmə əsla onunla dəxli yoxdur. Federalizm İranın içində gerçəkləşəcək. İranın iç hüququna mərbutdur. Ona da hüquq yoxdur. Şəxsən federalizm ola bir də bizim təcrübəmiz tarixdə bunu göstərir. Gedirik yazaq da. O gedir yazaq da. Gedir yazaq istiqlal da. Niyə gedirik bir də hələ federal yazaq? Bax, yine onu tikrar edəriz. Qulaq asın. Tamam. Biz İranda, qulaq asın, bu cümləyə cəhət deyəm. Bax, İranda biz federalizm qanunu yazmağa xarici dövlətlərin təyidinin ehtiyacı yoxdur. Yoxdur. Əslən müdaxilələr yoxdur. İç hüququnda, yəni qanun əsasında federalizm yazısında xarici dövlətlərin heç müdaxiləsi olmamağa gərəkir. Amma istiqlal deyəndə xarici dövlətlərin hamısı gələ təyid eləyər. Yerdən gözlə bunun fərqi var bir-birinə. Can Şamili, dünənləri mən onu ərz elədim ki, onun vaxtı bir dənə rejim dağılır, onun hüquqi statüsü, siyasi statüsü aradan gedir, dünyada friz olur rabitələr. Bu rabitələr müntəqil olur, sonra o toplumda nə ittifaq düşəcək ona. Yəni hüquqi və siyasi ittifaqlara düşəcək, dayanacaqdır. Bunun üçün sizin buyurduğunuzu mən hüquqi olaraq qəbul edə bilmirəm, şey də olaraq qəbul edirəm. Amma icazə versin mən bir daha icazə versin bir dəqiqə. Bir dəqiqə olsun. Bir dəqiqə ilə zərərləməzsiniz. Bir dəqiqə ilə zərərləməzsiniz. Bir dəqiqə dayan. Baxın, rejim aşan ərəfə siz elə bir cür davranırsınız ki, deyirsiniz ki, yəni yangından mal qaçırma deyirlər Türkiyədə ona. Yangından mal qaçırma. İndi rejim yoxdur, getdik dövləti qurduk. Baba, zehniyyət oradadır və hüquq var. Beynəlmiləli orqanlar, tamam hüquqi beynəlmiləl orada gözlənir. Mərkəzdə bir İranda bir dənə dövlət qurulsun. Onun yeri var Sazman Millədə. Hər şey amadədir. Tarihi var, tarix var orada. Cənab Şamil. Sən deyirsən və rejim yıxıldı, onda 50 daha dövlət çıxacaq onun içindən. Cənab Şamili, tarix bunu bizə deyir ki, Sazman Millədə o cür bir şeylər dixalət eləməz və danışmaz da. Güclər qonşudan danışa bilər, amma beynəlmiləl qanunda deyir ki, sən deyirsən, mən dövlətəm, onu gətirsən Sazman Millədə, dövlətlər qəbul eləyəcəklər, yavaş-yavaş eləyəcəklər. Oldu, nə deyirlər? Oldu, bitdi. Oldu, bitdiyə gətirəcəksən. Amma buradan geçək. Baxın, indi görün nə ərz edirəm. İçinə də yangından mal qaçırdınız. Yangından mal qaçırdınız, amma gedər. Diqqət buyurun, 43 dəqiqədə bir sualda danışırıq. Lütfən. O qəşəng sözlər danışmışıq. Yox, qəşəng. Yəni, amma dünən də danışmışıq, İsrail gündə danışmışıq. Dünən bir söz dedik da, əl-aqilə bir işarə yetərdir. O əsasda danışırıq. İkrar oldu. İndi baxın, bizim 4 gündə ikrar olur. Devam edək. İstiqlal, sizdən bu sualı soruşdum. Siz əslində cavab vermədiniz. Siz bir teorisyen olaraq qıraqda durursunuz, deyirsiniz 2 dənə hərəkət var, 5 dənə hərəkət var. 10 da hərəkət var İran çərçivəsində. Amma biri bunlardan istiqlaldır. Mən baxıram, görürüm ki, istiqlal hangi şəraitdə ola bilər? Bunu təhlil et, analiz edirsiniz, tərəfsiz. Əcəba siz bunu İstiqlal o zaman ola bilər ki, hüquqi dəstək, iç hüquqda və dış hüquqda, xarici hüquqda dəstək olsun.
bizimkin də bizə yetirəndə, İrana yetirəndə nə iç hüquqda, nə dış hüquqda heç birində dəstək yoxdur. Birində olsaydı ki, nə deyərdik var. İkisində də yoxdur. Tamam. Dostlardan, partilərdən mən gördüyüm 4 partinin, əgər səhv eləmirəmsə, 4 partinin liderləri əlan otaqda oturublar. Hətta Salih bəy uzun bir şey, Salih Kamranın cənabları uzun bir şeydə yazdılar orada ki, bəluçlara görə siz bir şey vurdunuz, onu burada bir islahiyyə gətirdilər. Yazıbdır, mən oxuyayım ikisini. Calibdir ki, hüquqi işarə buyurublar. Onu mən itirdim mən. Oxuyayım. Hə, calib bir mövzulara işarə ediblər. Mən ona əgər tapa bilsəm, oxuyayım. Buradan calib idi. Gördüm, oxudum da. Bəli, gəldi. Bəluçların və ərəblərin ən önəmli partiləri ki, ibarət bir Radyo-Tibaki və Hərəkət-i Nəzaldan hər ikisi də haqqı təyin sərnövişi siyasi istəyirlər ehtimalən, istəyirlər və zəif partiləri da federalçılardır. Bunu yazıblar. Ondan sonra da bir şey də burada əşarada yazıblar ki, onu görsəm, o da hüquqi zəmini yazıbdır ki, Salih bəyin o ikinci yazısında görsəm, İranın indi iç hüquqi federalizmi də qəbul etmir. Tamam. Bu da bu. Güzel. Yani güzel. Koyun biz buna bir fırsat verin bize. Bize bir fırsat verin. Salih Bey'in yazısına. Biz bugün birinci derecede İran'ın iç hukukun, federalizmin istemiyoruz ki biz bu rejim aşandan sonra siyasi gücü elde edip gelecek hakimiyetin kurucu meclisinde, müessis meclisinde güclüce huzurumuz olmalıdır. Ve federalizmi oraya geçirmemiz. Neyince büyünün kanun esasına. Bir dakika. Hukuki sistem freeze olur. Siz taza bir hukuki sistem yaradırsınız. Dünya onunla mümaşat edecektir. Ya federal yaradın ya istiklal, 5 tane istiklal yaradın. Düzdür. Bak. İç hukuk değişecektir. Rejim değişenden sonra dış hukuk, uluslararası hukuk değişilmeyecek. Yani bu hukukun iç ve dışında dış kolu sabittir. İçte değişilecek. Yani rejim akandan sonra federal sisteminin kurulması cevap. Bir dakika. O söz ki burada yani Salih Bey yazıblar, bu iki tane partiyanın adını yazıblar. Onlar ikisi de istiklalcı partiler, biri Bəluçdur, biri Ərəbdir. O hemen Nizal grubu o idi ki silahlı uzun yani bir şey ittiham oldu, bilmirəm indi qəbullərdə eləmədilər və çox böyük problemlər oldu. Holanda onların məsullarını tutdular. Yani o əməliyyatdan ötürü. Yani istiklalcı bir tane grupdur. Və Radyo-Tibaki də o adını düz deyirəm, yox bilmirəm. O da Bəluçların təşkilat grubudur. Ən böyük grubudur, ən kiçik grubudur. Onu mən təsdiq etmirəm. Çünki mən ayrı Bəluçistanda Hizb-i Mərdum Bəluçistan var ki çok güclü ve çok erdemli bir partiyadır ve Bəluçların azadlığı. Onlar bizim bəhsimizə çox ilgisi yoxdur. Yok, orada yazılıb da sual ver. Bir de yazıbdır ki, yazdım. Hukuki beynəlmiləl həm federalizmi və həm də istiqlal haqqını qəbul edir. Yani her iki hakkı siz ya elam istiklal edin ya elam federal edin. Her ikisini de sazman beynəlmiləl hukuk kabul edir. Sazman emirlərdən danışmıyor, hukuktan danışmıyor. Her halde bu bəhsdən geçək kənara, yani çok önemli bir nəzərdir. Bu söz, benimce bu söz ki istiklalı kabul edir bu cür hukuki beynəlmiləl. Eğer istiklalı kabul etse o ölkələrin toprak bütünlüğü ülkəsi haracıdır onda. Onu dünən ərz elədim ki, biz bir milyonluq xalqla tərəfi, milyon xalq üçün, yəni onun müqəddəratı təyin üçün ən həzinəsiz, ən az bədəllə maliyyat da bir yoldan geçməli. Çox ağır yoldan geçməliyik. Yəni heç zadı toğcu ilə, yəni mənə yaxın olsun, bir deyim, uyusun, biz məsuliyyət daşıyırıq. Milyonlar insanlar, 100 bin insanlar bu işin içində insanlar ölecek, insanlar canlarını itirecek, insanlar yaşamını kaybedecek. Biz bilmiyoruz burada ne olacak. Bizim görevimiz siyasi olarak düzgün, en düzgün yolu, en az həzinə ilə bir xalqı öz məqsədini çatdırmaqdır. Ona görə beynəlxalq hukukda o ilçe ki var dedim, adım ölkələrin toprak bütövlüyü ilçesi, o ilçe deyir ki, bu ölçe, o ilçenin, o birisi ölçenin ayrılmasına izin verməsin. Yani dəstəkləməsin. Ona görə bu düzdə ikisi de vardır. Yani ne demek ikisi de vardır?
İstiqlaliyyət sözü harda vardır? Tamam. Arz edeyim ki, əgər suallara qısa cavab versəniz, məsələn, hərəsində bir dəqiqə yazın. Çalışaram. Eyni kimi də, Hadi, eyni o Avropalılar... Siz de bahs edirsiniz. Ben de biraz yani benim beynimle yani özü çətiniz üstə də. Mən də bir şey var. Tamam. Nədən və hangi səbəblərə görə bu gün İranda türklərin, bu gün o İran adlanan yerdə türklərin ya hətta Azərbaycanın istiqlalı yoxdur. Niyə yoxdur? Geçən məşrutədən heç olmasa bu günəcən buna savaşıblar. Ölü veriblər, qətlam olublar. Şeyx Məhəmməd Xiyabani gəlibdir, Pirsəvəli gəlibdir, Şəriət Müdarı gəlibdir və gəlir hələ. Biz nədən istiqlalımız yoxdur? Bizim kurucu babalarımızın becərisizliğindən, bilməzliyindən, anlamazlığından bizim 1000 ildir bu ölkədə, bu topraklarda dövlət sahibiyik. Orada dövlət sahibi olan, 1000 il dövlət sahibi olan o dövləti saxlaya bilməyən bir ayrı dövlətin iktidarını verməyə o tamamen kökündən becərisizlik, bilməzlik və hətta bu millətə bir xiyanət sayılır. Necə yəni? Burada milləti tapşırıb da Fars dövləti təbliğ edir özləri, ondan sonra bu millət yazıq millət ki, əlində gücü yoxdur, neydi? Siz dünən əvvəlki gün bəhsizdə millət dövlət Qacarlardan, hakimiyyətdə də gedir, Səfəviyyəcəm. Yəni ondan qabağacam da. Amma çünki biz yapışaq Səfəvilərdən bu yana, çünki Səfəvilərdən bu yana daha çox bu dövlətçilik, yəni bu sınırlar, yeni dövlətçilik falan ələlxüsus Qacarlarda. Rəsmən Ababla dövlət verib onların əlinə dilin rəsmi, Fars dili rəsmiyyət işləyiblər. Siz ki federalizmin arxasından, onlar bir federalizmə şəkildə ilayət, vilayət qurublar. Neynəsinlər də bundan yaxşı neymiyyə cağdılar? Qanun qurublar. Yasal zəmin yaradıblar. Amma siz istədiyiniz sistemdə görürük ki, işləmir də. Burada bir dənə diktatorluq sistemdə yəni Qacar dövrünü baxın, siz biraz baxın, siz yine fəqət yalnız ideolojik rəftar edirsiniz tarixinə. Tarixinə ideolojik rəftar olmaz. Biraz gəlsək, baxın, Qacarlar federalizm veriblər filan, bu bir şey yoxdur. Baxın, Qacarlar Türk dövlətidirlər. Bu hakimiyyəti Türk dili, İran dövlətinin birinci dili olmalıydı. 400 il ondan qabaqdan, 400 il ondan qabaqdan. Bir 400 il bir dil, bir dövlətdə rəsmi olsa, onu bir dəfə dəyişə bilər. İndi keçən 100 ildən icazə verir. Məhrusə Qacar deyəndə, yəni bu bir dana məmləkət deyil ki, rəsmi dili bir dana dil ola. Yəni burada hər məmləkətin özünün dili var. Özünün məmalik Məhrusə Qacar. Hani dildir, var dili. Var dili. Məmalik Məhrusə Qacar. Məmalik Məhrusə vardı, dili vardı. Hər məmləkətin özünün dili var. Məmləkətlər deyir. Demir ki, mənim dilim ya mənim məmləkətim. Bu hətta bugünkü federalizmdən üstədir. Amerika federalizmdən məncə, məsələn, pul ixtiyar var. Baxın, Ərəbistanın pulu var, Xorasanın da pulu var, Azərbaycanın da pulu var, hətta Tehranın da. Mən keçən həftə, 2 həftə bundan qabaq, Tehranın pulunun üstündə yazıb Tehran, Azərbaycanın üstündə də yazıb Azərbaycan, Xorasanın üstündə yazıb Xorasan. Yəni ki, burada bir dönem hətta bugünkü federalizmdən üst bir idari sistem var orada. Amma İndi bak, indi qulaq. Bir dəqiqə mən tuturum. Burada gətiribdir yasal, sizin dediyiniz dilindən danışıram. Yasal bir zəmin yaradıbdır, atmosfer yaradıbdır ki, ağa, qanun əsasında bura məmalik Məhrussədir, bura iyalət, vilayət şəklində idarə olunacaq. Hətta Rıza Şah gələndən sonra 2013-də 5 dana ustan var. 2010'da yendirilir 10'a da olur ustan 1 ustan 2 ustan daha 10. ustanacaq. Yəni şeydir, 4 dana ustan da əvvəldə. Rıza Şahın əvvəlində 4 dana ustan deyir özü. Yəni 4 dana millətə bölünür. Hətta Rıza Şah mənə bax verirsiniz. Yəni baxın, qulaq asın. Bax, mən sizə deyirəm, siz biraz yəni millətə zülm eləməklə məşğulsuz indi bu saat bu cümlələrlə. Yəni istəyirsiniz öz ideolojik istiqlaliyyəti təsbih edək. Mənim növbətimdir. Bir dəqiqə. Baxın, istəyirsiniz ideolojik istiqlaliyyəti ispat etmək üçün tarixi təhrif edirsiniz ki, millətə deyəsiniz bizim federalimiz var idi, federal bir iş görənmədi, gəl istiqlala gedək. Halbuki istiqlala federala dəxli yoxdur.
Ama Qacarların divan dövləti, İran dövləti rəsmi farsıdır. Fars dilindən çox aydın istifadə olmuyor İranda. Ama tek dil değil. Çok federalizm. Tek dil de İttifakın tek dil biz buraya getiripti. Yok. Dilimiz biridir. Dilimiz biridir. Bakın. Mesela bakın Kanada'da Fransızların eyaletine biz gedəndə ben çok gedirdim da bir zaman. Yani haftada 3 defa gedirdim ben Quebec'e. Bir oraya gedəndə bazı yerde İngilizce danışsa cevap vermirlər. Ya cevap o baba siz indiğin Kanadası ile 150 bundan qabaq İran bələstirirsiniz. Lütfen İranda medrese 100 bundan qabaq başlayın. Lütfen bakın. Qoyun xalq qəzavət eləsin, küçəsin, Qacar federalizmi şimdi biz istiqlal geçsək xoşbəxt olacağıq. Keçək o bir suallara. Tamam. Siz istiqlala alternatif tanır mısınız? İstiqlala alternatif əlbəttə ki tanıyıram. Ne mi? Əlbəttə istiqlalın alternatif bu anda zərurətlərə görə, hüquqa görə, əlverişliliyə görə federalizmdir. Neden hangi dəlillərə əməli imkanı Bir dəlil var. Bir dəqiqə. Federalizm istiqlaldan çox əlverişlidir. Hangi səbəblərə görə? Çok güzel bir sualdı. Elə bir güzel sual verdiniz ki, yani manşet olabilir sizin sualınız. Onun dəlili budur ki, dəlili əsli əlverişliliği. Niyə? Federalizmə xarici devletlərin təidi rəddi heç dəxli yoxdur, ola bilər. 2. Federalizmə 30 milyon Türk'ün potansiyeli ilə gedəcəksən. Halbuki istiqlala 10 milyonun potansiyeli ilə. Federalizmə... Bir dəqiqə sözlərini qutulmayayım. Sözlərini qutulmayayım. Yok sözlərini qutulmayayım. Bir dakika bak, benden soruşmuşsun, koyun 3-4 tane dəlil sayın, burada 10-15 tane dəlil var. Ama koyun 3-4 tanesini sayın, ondan sonra federalizmə antipati yoxdur. Xalqlar içində hamı istir, mərkəzdə demokratlar istir, mərkəzdə faşistlər istəmir. Amma güclü bir daha potansiyel var federalizmin, güc əldə edib və mərkəz faşist cəryanın qarşısında çox güclüdür, çox güclüdür, onun qarşısında durmaq olar. Amma istiqlala antipati var, ziddiyyət var. O ziddiyyəti siz dünən təyid etdiniz. Nə dediniz təyid etdiniz? Dediniz ki, onlar ki federalistlər bilirlər istiqlal desələr olmaz filan beyman, ona görə federalist ilə İranda. Yəni istiqlalı o ziddiyyət üçün, o şəraitin acılığı üçün təbliğ etmək olmaz. Bir stratejini təbliğ etmək olmasa nə cür əldə etmək olar bir xalqın içində? Özü sonra dünən təyid etdiniz. Ona görə istiqlal məsələsində xarici dövlətin təyidi tələb olur. Federalizmə xarici dövlətlərin heç müdaxiləsi əsla tələb olunur və onlarca bu cür faktorlar. Və mən dedim istiqlalda biz topraq da itirə bilərik. İtirə bilərik yox. Yəni indi dünənləri biraz İran İsrail münəbbət düşünmüşəm. Topraq itiririk ondan üçün mərkəz faşizmindən kütlərin itilhaq tərəfində bir yanda olub istiqlal cərəyanı adı Azərbaycana yəni hərbi əskəri hücum gətirə bilərlər və biz bir topraq itirə bilirik. Ona görə federalizmdə biz topraq itirmərik, heç topraq əldə edərik, daha çox topraq əldə edərik. Bu faktorlar bu gün üçün yetər. Tamam, mən də ərz edeyim bunu xidmətinizə. Əvvələn mərkəzdə demokrat mərkəzi əvvəl gündə soruşdum, yoxdur. Yəni deyə bilmirsiniz ki, İndi danışmırıq ha. Baxın, indidən danışmırıq. Qurulan, gələcək qurulanda istiq olaq. Tamam. Yəni indi bir də deyirsiniz ki, gələcək dövlət qurulan dövləti qatmayın lütfen. 10 milyon Azərbaycanlı ya Türkçülə gedəcəklər, amma federalçılar 30 milyon. Niyə məsələn istiqlalçılar 30 milyondan gedə bilməsinlər, federalçılar 30 milyondan getsinlər? Azərbaycanda 30 milyon adam yaşayır. Yox da Kollan yapır. Elə niyə getməsin? Tehran Türkiye gələcək Azərbaycan istiqlala getsin. Niyə deməsin ki? Məhv olacaq orada bir xatir ki. Azərbaycan ayrılsa, Azərbaycanın 10 milyonu ayrılsa, o 20 milyon ki o yanda yaşayıb məhv olacaqlar, əziləcəklər, təhqir olacaqlar, üstlərinə traktor yeridəcəklər. Deyəcəklər, sizlər məmləkət tərcih elədiniz. Onları əzəcəklər. Onlar müxalif olacaq. Ona görə Tehran türkləri, mərkəz türkləri bu istiqlal şüarından qətiyyətlə müxalifdirlər. Çünki onlar əziləcəklər və çox təhqir olacaqlar. İkinci, qəbul eləmirəm əlbəttə. Çünki, məsələn, bizim qəbul eləməz mündə, bizim eşidənlərimiz qəbul eləsin. İstiqlalçıların şeyi budur ki, Tehran, Kərəc, Qum, Azərbaycanın bir parçasıdır. Yəni, Azərbaycan görürlər.
və Azərbaycanın parçasında saxlayacaqlar. Onu istiqlalçıların bir çoxu belə düşünür. Yani istiqlalçıların Tehran'a da ayrılıyor. Yox, Tehran Aparatı yıkıyor. Azərbaycandır. Tehran Azərbaycan. Bak indi bu Beləsi deyir. sözü değilsiniz. Bakın Hidayet Bey lütfen lütfen. Bu sözü değilsiniz. Bu sözü Farsça. Bak Farsça deseydi ki Tehran'da olanlar bilsinler da Tehran'da olanlar bilsinler ki Azərbaycanın bir yerində oturup bir nəvə, iki nəvə danışır. Deyirlər ki Tehran Azərbaycandır. Biz istiqlalda Tehran'a da ayrılacaq. Ne deyirlər? Ne deyirlər bizə? Deyirlər ki, sağ olun, 70 milyon, burada 17 milyon adam vardı. Bizi de adam hesabladı, zadız Azərbaycan ise biz de Azərbaycan yoxdur. Bilirsiniz, nə qədd bu gerçəklərdən uzaq bir düşüncə gətirsin meydana və bizə sədmə vurur. Bizim hərəkətimizin ciddiyyətini alır. Bizim hərəkətimizin ciddiyyətini bizdən alır. Biz yerə ayağımızı möhkəm yerə qoyaq, möhkəm. Tehran Azərbaycandır. Böyle zarafat kimi bir şeydir. Özünüzə gəlir, deyirsiniz ki, indini danışmırıq, gələcəyə danışırıq. O zaman ki, Yok, Tehran'a Azərbaycan ad koyma. Bu da Tehran durup orada da. Bizim indi burada Türkler var da Tehran'da yaşayırlar. Kedin oradan soruşun, deyin Tehran Azərbaycan, biz de oran istiqlala getirək. Şöyle o Türkler size ne deyirlər? Deyirlər, bu sözü ağza gətirmək bizim hərəkətimizin ciddiyyətini almaq deməkdir. Zarafata koyarlar namı. Şimdi niye? Ora Tehran bir Fars-Türk şəhəridir. Ora bir iki dilli rejim lazımdır. Tehran çərəcən. Biz bunu isteməliyik. Azərbaycan Tehran'ı istiqlal edəcək. Bunu niye bu? Bakın ciddi sözde. Bakın Hidayet Bey. Ben deyirəm ki lütfen gayri ciddi sözler danışmayaq. Zərəri var bizim hərəkətimizə. Etibarın xisətmələr. Bizim hərəkətimiz biz çok möhkəm sözler danışmalıyıq. Elə sözler danışmalıyıq ki o qolu fasla deyir la ders nedir? Sen geçe bilərsən ola. Söz on la dersine getməsin. Mulay dərsləşlər. Mulay dərsləşlər. Dəqiqən mulay dersi getməsin. O cür sözlərimiz lazımdır. Möhkəm olmalıyıq teorida. Gerçəkçi olmalıyıq. Realist olmalıyıq. Yoksa şuarla dünyanın heç yerine, tarihin heç yerinde şuarla, yani bu duygusal hareketlerle zərərdən sonra hiç tat vermez bize. Hani bir daha ciddi adam bu sözü eşit. Yok bak burası mühümdür mənim nəzərimə. Tehran'ın Türkləri sizin bu sözü eşitsələr, Tehran'ın Türkləri yani, yazırlar. Burada yazırlar şey, Şamili cənabları iştibah edir. Yazır mən Tehran'dan. Tehran'ın Türkləri bu işi eşitsələr, mən sizə deyim. Yani bizim etibarımıza çok ciddi Azərbaycan, hatta Azərbaycan hakimiyyəti qurulmanı zərərcəyə var. Ona görə. Cənab Şamil, mən təhsilimi orada eləmişəm. 10 ildə orada yaşamışam Tehran'da. Təhsilimi də orada eləmişəm, işimi də orada işləmişəm. Mən orada türkçülüğü və Azərbaycançılığı Təbrizdən ciddi görürəm. Mən özümü deyirəm. Mənə qulaq as, mən o bilirəm, Türklər, mən də bilirəm orada var. Amma Tehran Azərbaycandır və istiqlal tapacaq. Tehran Azərbaycandır və müstəqil olacaq. Yəni Təbrizlə bir yerdə, Təbrizlə Tehran ayrılanda mərkəzimiz olacaq. Hər yer ilə iradə ilə yox, paytaxtımız olacaq. Əhədi paytaxt deyilər. Qərar dəyişir onu paytaxt deyir. Yox da əhədi paytaxt eləməyək da. Siz seçin Tehran'ı paytaxt eləyək onda ya Təbrizi. Bakın Tehran'ın özünün paytaxtı çoxdandır deyirlər oradan gedəcək. İsfahan yaşayıraq. O Tehran'da bu Haşimi Rəfsəncanın dövlətində o mətrəhdir. Amma biz məsələn Kanadada federal dövlət aparıb Ottaviyanın indi fələn yarım milyon cəmiyyəti var. Toronto ki 6 milyon cəmiyyəti var, paytaxt deyil. Bu qərar deyil ki, məsələn biz aparıb əhərə. Nə olur məsələn paytaxtda əhərə qoysaq məsələn paytaxtda nə olur? Məsələn paytaxt bu da özü də qeyri ciddi sözdür. Niyə deyirsiniz əhərə? Ən azı deyin Təbrizə. Niyə əhərin adını gətirsiniz? Əslən paytaxtın hara olması önəmli deyil. Bu mühümdür. Önəmlidir. Çox önəmlidir. Necə önəmlidir paytaxt? Türkiyə. Bakın mən sizə bir dəqiqə. Bir dəqiqə daha. Türkiyə İstanbulda götürdü apardı Ankara'ya. Ankara o zaman bir daha kənd idi. Apardı kəndə. Yaxşı. Bizim Türk xalqının İranda paytaxt dəyişməsi Türk xalqının bədbəxtliyinə səbəb olubdur. Bədbəxtliyinə. O zaman ki paytaxt Təbrizdən çıxdı, gəldik Qəzvinə, Qəzvindən götürdü, apardılar İsfahana və ya onlar götürmüşlər Təbrizdə qacarlar, götürdülər paytaxtı apardılar Tehrana, orada bu xalqın fəlakətinə imza atdılar. O paytaxt Təbrizdə qalsaydı, lütfən, o paytaxt Təbrizdə qalsaydı o gündən bizim xalqımız bu cür zəlalət, bu günün zəlalətində deyildi. Ona görə paytaxtın əhəmiyyəti çox mühümdür. Hətta əgər o gün Qəzvində qalsaydı, yenə bizim nəfimizə idi.
Amma o gündən ki getdi Farsistana bizim. Əgər paytaxtın indiki şəraitdə, o dünyadan danışmırıq, o şəraitlərdən. Amma hər halda mən cənabınızdan sual soruşmalıyam. Bəhsə Yox, bu mühüm sualıdır ha. Bu ki biz payitaxtı dəyişək falan. Bu düzdür biraz şeylə başladınız amma sonucu bir ciddi bir yerə gəldi ki payitaxt, tarix. O tarixi kökündən yerbəyer edilib bir payitaxt dəyişmə. Təbrizdən heç də şey dəyişilməyəydi. Təbrizin bir daha da bədbəxtçiliyi var. Təbrizin bir daha bədbəxtçiliyi var. Qoyun buna da işarə edeyim. Yəni mən də cənabına deyim, baxın, bunu ciddi deyirəm. Paytaxt Azərbaycanın bir kəndi olsun, amma Azərbaycanın olsun. Paytaxt. Bu bilirəm də, baxın, mən deyirəm sizə ki, bu duygusal sözlərdir. Bu cümlələr cəhd deyilməsin. Azərbaycanın paytaxtı ola bilər. Baxın, bunlar sadə şeylərdir, çox sadə şeylərdir. Azərbaycanda dövlət qurulursa, paytaxt Azərbaycanda olacaq da, paytaxt Azərbaycandan, Şirazda olmaz ki, Azərbaycan paytaxtı. Azərbaycanda olar. Siz gəlib deyərsiniz ki, harası olur olsun, Azərbaycanda olsun. Bu söz yəni cəhd deyilməyə, basın cümlə ağzından cəhd çıxmaya. Tamam. Azərbaycanda qurulan dövlətin paytaxtı Azərbaycanda olacaq da, Azərbaycanda xaric, amma deməməlisiniz ki, harada olur olsun, xeyr. Paytaxtın yeri önəmlidir, tarixi önəmlidir orada. Dedim sizə, bizim başımıza nə oyun gətirib paytaxt dəyişmə. O hətta Qəzvinə getmə də böyük xətadır. Çünki Qəzvinə getmə dərvazı Farsistanı açırdı, bizim padişahlarımızda geçsinlər ora. Və getdilər də və fəlakəti yağdırdılar. Bir daha da ayrı söz deyim sizə. Bir dəqiqə diqqət edin. Baxın, paytaxt məsələsinin bölünməsində Rusiyanın nə rolu vardı? Niyə Təbrizdən paytaxt keçilib doyanlara? Rusiya ilə qonşu olmamız. Yəni stratejik təhdid və Təbrizin jeopolitik mövqeyi Rusiyaya yaxın, Rusiya sınırına yaxın olması o zaman ki, yəni Birinci Dünya Savaşından qabaq hücumlar, gəl, al, qaç vardı. Onlar səbəb oldu ki, yəni padişahların əmniyyəti hifz olsun deyə daşınsınlar mərkəzi nöqtələrə. Və bu çox böyük bir fəlakətə səbəb oldu bizim xalqımız üçün, oturmuşuq burada danışırıq. O problem var, amma indi də İslamın da Cunuba yaxın olduğu üçün oradan da İspanyalılar, oradan da İngilislər daimən İspanyalılarca ayrı, İspanyalılar gəlməyiblər də. İspanyalılar da gəlmişlər. İspanyalılar hara gəlməyiblər. Mən burada deyirəm biraz savadsızdan da bu qədər də savadsız deyirəm ki, İspanyalılar gəlmişlər. O da. Arz edeyim ki, çox az bir mən bir dənə sualı istiqlalçılardan soruşuram, onun tərsini sizdən soruşuram. Bir az ehtimalla federalist İranda yerim. Əslində millət qəbul eləmir. Azərbaycanlı, ərəblər, Bəluçlar qəbul eləmir. Siz istiqlalı nə deyirsiniz? Sənin bu sualı gəl qızıl suyla yazılar. Manşetdən geçibdir səninki. Yəni bu sual o qədər ciddi sualdır. Yaxşı. Biz deyirik ki, diqqət edin, bu çox dostlarımız, istiqlalçı dostlarımız verirlər bu sualı. Sən deyirsən ki, əzizim, federalizm əlverişlidir. Deyirsən ki, biz 2 binalı bir bina düzəldəcək, 2 binalı. Amma mövcud kərpiçlərimiz, daşımız, toprağımız, gəcimiz filan, yalnız bir katını, bir təbəqəni düzəltmə imkanımız var. Yəni federalizmi qurmaq, tamam binanı yapa bilmirik. Yoxumuzdur da, amma pulumuz yoxdur, materialımız yoxdur. Sən gəlsən deyirsən ki, yox, bir qatı düzəldəməd, elə 2 qatı bir yerdə düzəldəm. Sörüb nə deyərsən? Deyərsən ki, qardaş, bir qata pulumuz yetirmədi. Məsalih alım, kərpic alım, daş alım. Sən deyirsən 2 qatı bir yerdə düzəldək, imkan yoxdur. Pulumuz yoxdur, imkanat yoxdur. Federalizm ilə istiqlaliyyət bu mənadadır. Əgərsə əlverişli olursa ən yüksəkdə sən istiqlal alırsan da dedim. Sualı verdin mənə ki. Mən də bunun tərsini sualı verdin mənə. Yəni bunun mənası budur. Bax, federalizmi imkanı olmasa, istiqlalın əgərsə bir zərrədə imkanı vardı, o da sifrlər yenər aşağı. Bitti. Yəni federalizm ki, sən İranın potansiyelini onu almalısın. Tamam xalqların potansiyeli ilə, Türklərin 30 milyon potansiyeli, yalnız 10 milyonda 30 milyon potansiyeli ilə, mərkəzçilərin demokratları ilə, xarici qüvvələrin bizə himayəti ilə, məsələn, Türklər oradan himayət alsın, biz Türkiyədən himayət alaq, ərəblər ərəbdən himayət alsın. Yəni, federalizmə bu qədər potansiyel var. Qurulmayınca, bunlar olmayınca federalizm, yəni xabuxya. Bu qədər. Can Şamili, mən keçən gün
2 gün önce bir misal vurdum. Dedim ki Təbrizin traktorun müsabiqələrində yapan vaxt insanlarımız çıxırlar xiyabana. Şuarlar için verirler. Bu şuarlarda siz İran diye bir şey görmürsünüz içinde. İşare bile olunmuş. Tüm milli hərəkətdir. Bir dakika. Hatta dikkat ederseniz bir şey. Azerbaycan var olsun, istemeyen kör olsun ya ölsün. Yani bu şuar gelir daha tamam. Bunun manası budur ki İran ölsün. Yani burada İran bir şuardı bu. Yani bu indi siz bunu gerçi siz hakimiyete bunu diyorsa hakimiyet bunu bilir. Sizden de yaxşı bilir, benden de yaxşı bilir. Bu şuarların hamısı təhlil olur, analiz olur. Hamısı. Bir dana şuar siz tapanmazsınız şu orada desin. Millət də o umumi millət də savadlı savadsız. Bakın onlar orada şuar verirlər. Onların şuarları tamamen 100 dana şuarları olsa 99.99'u istiqlalçıdır. İstiqlalçı analiz olur. Tamam. Bir dersen bile İrancı yoktu içinde. Mesela şairler değil, şairler var. Gedib Xamene'nin yanında ne bileyim İran falan. Bunlar hiç. O şair. O gedib buradan pulunu alacak. O sələsini alacak. Hidayət bəy, baxın, mən sizdən təvənnüm budur ki, məndən təbliğatı danışmayın, müstənəd danışaq. Söhbət budur. Diqqət edin, mən deyəcəm təbliğatın nə cür təbliğatı. Onlar hamısı istiqlal istəyirlər. Mən federalist və bizim partiyamız Azərbaycan Demokrat Partisi milli şuarları tərh eləyəndə gedib İran şuarı verəcək. Bizim İrana hissimiz yaxşıdır, pozitivdir, aşıqdır. Bizim millətimiz əsir millətdir. Bizim millətimiz təhqir olub o ölkədə. Bizim millətimiz haqq sahibi deyil. Biz də İranın adını çəkmək istəmirik. Amma ayrı yolumuz da yoxdur. Yəni federalizm əlverişlidir. Dedi, bax, tikrar eləməyək sözləri. O məcburən oradan geçməlisən yolu. Sən də ki istiqlalsan, sən də məcburən oradan federalizmə geçməlisən. Tamam. Qulaq asın, bir dəqiqə. Ona görə orada şuarlar ki gəlir verirlər. Türk dilinə mədrəsə olmalıdır hər kəsə və ya başqa şuarlar verirlər. Amma bu şuarı bəyənmərəm, ha? İstəməyən kör olsun Azərbaycan. Azərbaycana şuarda müsbət yanaşmalıdır. Cəzb edici şuar verməlidir. Dəf edici şuar bir dənə pozitiv hərəkətdə olmaz. Məncə o şuarın səviyyəsi aşağıdadır. Yəni material roşan fikri zəifdir o şuarın. Ona görə o şuarın ikinci bölümü həzf olub onun yerinə başqa bir şey lazımdır qoyulsun. Birinci bölümü gözəldir, amma ikinci bölümü gözəl deyil. Amma o mənasıyla şura istiqlalçılar. Kimsə İran adını gətirməz. Ha, biz bir dənə milli mücadilədə əsir millətin evlatlarıyıq. Gəl İrana aşıq olacaq indi. Ha, gəl sən bizi təhqir etmirsən, əzmirsən, traktor geçirmirsən üstümüzdən, yandırmışsan, kəsmirsən, biz sənə aşığıq. Bu şey var mı? Federalçılar bunu deyirlər. Məncə o sahədə federalçıların, istiqlalçıların heç fərqi yoxdur. Hiss, duygu cəhətindən heç fərqi yoxdur. Bizdə milli duygumun deyil, istiqlal federalizm onu demir. Hər bir insan için milli şuura sahib oldu. Heç istiqlal şuarı deyil və federal şuarı da təyin elə bil. Elə bizim əziz dostlarımız kimi deyirlər, milli müqəddəratımız təyin olsun, milli müqəddəratçıdırlar. Onlar demirlər də istiqlal federalizm. Onlar da öyle olsun. Yəni fərqi yoxdur. Duygusal cəhətindən hamımız bir səviyyədəyik. Ona görə biri-birini üstünü sualcıya, bunlar demirlər, pəs istiqlaldır. Mən başqa yerdə danışdım. İstiqlal və başqa yerdə danışdım. Mərkəzdə, İranda, içəridə, yəni Güney Azərbaycanda bizim ən tanınmış, zindan çəkmiş, uzun zindan çəkmiş insanlarımız, dərgilərimiz, yazılarımız, hamısı federalizm haqqındadır. Hamısı federalçıdırlar bizim tanınmış şəxsiyyətlərimizin. Hamısı. Siz traktorda o adam, gənclər 15-16 yaşında, 20 yaşında, 25 yaşında işlər fəqət gedilməsən, hissləri var. Gedilər şuar verirlər, gəlirlər. Onlar da təyin edici rol oynayanlar bizim aydınlarımız, öncülərimiz, qələm sahiblərimiz, şairlərimiz filandırlar. Tamam. Bunların da tanınmış, hər kəsimiz tanıyırıq İranda, hamısı federalistlər. Deyirsiniz addan çəkim. Mənfi puan verəsiz, qorxuram ona görə. Yox, adların çəkmirik, çünki onlara biz istəmirik bir izafi bir rüsül verir. Zarafat elədim, ad çəkmək istəmirəm. Təbii ki. Ərz edeyim xidmətçilərə, istiqlal bölümünü sizdən vazgeçirəm, soruşmuram daha. Yox, bir də suallar var, qəşəng suallardılar. Çox suallar. Baxın, mən dedim sizə, baxın, İdayət bəy, biz müstənəd danışdaq,
o insanlar ki bizə qulaq asacaqlar, onlara məlumat veririk, zehnlərini barındırırıq ki, düzgün seçim yapsınlar. O ki, nə seçim yapacaqlar, o özlərinə əlaqəsi var. Amma əlində material olmaq lazımdır seçim. Yəni, bir seçimə material lazımdır, danış lazımdır, bilim lazımdır. Cənabınız hərdən məni müttəhəm edirsiniz. Müttəhəm eləyəndə ya gərək mənfi nömrə verəm, ya da ki, gərək sualdan keçəm. İkisindən biri. Çünki məni müttəhəm edin, okeydir. Yox da, özünüzdən ötürü mənfi verməyin də. Başqalarına ötürü mənfi versəz yaxşıdır. Məsələ də, mənim biraz huşum gələ başım, amma özünüzün üçün mənfi verməyin, işimiz bəhs edilir. Təbii ki, özümdən ötürü mənfi vermərəm. Amma yəni, mən məsələn təbliğatçı olanda biraz şey olur onda. Yəni, bir istəyirəm, Salih bəylə bu rəqabətdə devam edim axırıca. Başqa dostların işim yox. Salih bəy Yıldırımla bu rəqabəti, puan gəlməkdə istəyirəm rəqabəti devam edim. Gözəl, gözəl. Yox, mənim müşkülüm yoxdur. Mənə nə qəd desəz, o təhammül, zərfiyyətim çoxdur. Çox sağ olun. Var olasınız. Biraz fəqət xülasə desəz, mən sizinlə müşkülüm beləndə xülasə gəlmişsiniz qedatda. Sizin müşkülat İrandakı tüm Türkləri düşünür, ya fəqət Azərbaycanı düşünür. Bir dəfə demə. Sizin təşkilat İrandakı tüm Türkləri düşünür, yoxsa fəqət Azərbaycanı düşünür? Bizim təşkilatımız İranda tamam Türkləri düşünür. İki strateji etiqadı var. Azərbaycanda, ya Güney Azərbaycan deyilir, orada devlətçiliyə inanır və devlət qurmağa və Türklərə Tehran çərəzdə bir özel iki dilli sistemin yaranmasına çalışma Tehran ve Çerez Türkleri, sonra Türk kantonlarında otonomi olarak yaratmak istedik. Elbette ki biz bakın sabahları İran'a Cumhurbaşkanı seçilende, dikkat edin bura, sabah İran'a Cumhurbaşkanı seçilir. Bizler, yani Türkler istiler İran'a Cumhurbaşkanı seçsinler. Bu Cumhurbaşkanlığı bizim Cumhurbaşkanımızın kandidatlarına kim ses verecek? İran'ın hamısında tek Türk insanlarına ihtiyacımız var. Tek bunlar yok ha, kantonlar, bölgeler yok. Şehirlerde dağınık formunda Türkler çoxdular. Get Kirmana, get Bəndər Abbasa, get Bəluçistana, ne kadar desen Türk var. Onların seslerinin tek-tekinə sabah hakimiyyət qurmaq üçün ihtiyacımız var. Tamam. Federalı əlbəttə bu federal bölümünə geçəcəkdir. İstiqlalı deyim. Mən tüm istiqlal bölümü deyim, elə bununla gedim. Tamam. İstiqlalı əldə etmək üçün hangi fədakarlıqlar lazımdır sizcə? Məncə, yəni istiqlal və ya federalist olaraq baxmayın. Bir teorisyen olaraq baxın. Yox, kollən, yəni koll bunu iki yerə bölüm bizlərlə. O da bu ki, milli haqqı əldə etmək üçün çox candan geçmələr, çox həzinələr, böyük həzinələrə hazır olmaq lazımdır. Özündən, ölkəndən və xalqından. Bunu bilmemiz lazımdır. Bu milli məsələnin ki, haqqında milli məsələsin danışıq həlli çox ağır bir yoldur. Elə mənim mübahisəm bu, elə bu bəhsi istiqlal federal, bu ağır, çox ağır yoldur. Geçin baxın, elə bizim qonşumuz, yəni Türkiyədə baxın, görün nə əhvalat var. Dünya və tarixdə milli hərəkətlərin baxın həzinələrə, baxın Filistinə baxın, görün nə canlar, qanlar və fədalar gedibdir. Yəni, böyük, çox böyük. Baxın, məsələn, elə İrlandın özünü və tamam Afrikada bu cür hərəkətlərin, yəni ağır yol, çox ağır yoldur. Bir də bizim yolumuz daha çox ağır. Modern tarixdə, məsələn, biri milli hərəkətlər 100 il bundan qabaq, bütün hakimiyyətlər, iktidarın əlində media yoxudur, təbliğat yoxudur, o güclü təbliğat yoxudur, millətin beynini yuvanmırdılar. Məsələn, indi Kürt toplumu, biraz, məsələn, o iyiliği və təbarü toplum olmaq üçün, savadın az olması üçün, orada da milli hərəkət daha güclənir. Məsələn, xanlar, ərbablar, rəhbərlər, kimlər, onlar daha toplum güclü bir araya yığır. Amma modern toplumda, şəhri toplumda təbliğat, İran məsələn rejimin əlində, düşmən əlində geniş təbliğat vasitələri olduğunda beyinləri yuvurlar. Burada biz hətta dedim, firqənin qarşısında duranlar, o ordu işi gəldirir, bu fərman deyil. Bir Türk, hətta dedim, Baqir xanın damadı idi. Yəni, Baqir xanın qızının da tələbi ilə ki, gedsən Azərbaycanı azad eləyəsən. Yəni, get Azərbaycanı ki, əsarətə sal deyə onları göndər. Yəni, bizim həqiqətən bu durum deyilindi. Ona görə ağır bir yoldayıq. Milli müqəddəratı təyin etmək, oraya yetirmək. Elə ona görə bu bəhslərimiz,
çağırımız, bağırımız bu nədir ki, mənim sözüm budur. Biz ən kiçik gücdən, ən kiçik imkandan ta ən böyüksə ki, bir nəfər hazır olub canın fəda etsin. Bunları bir araya toplamağa strateji qurmamız lazımdır. Bir nəfər desə, onlar geçsin, bunlar qalsın, onlar geçsin, bunlar qalsın. O yəni Azərbaycanı kaybetdirib indidən. Ona görə mənim tamam çabam buradadır ki, nə edə bilərik, hangi teorini əldə edə bilərik, hangi yol, teori bizə deyəcək ki, bax, biz bir arada olmalıyıq. Tamam güclər, ən az bir gücdən ki, hissi var Azərbaycana, oradan ki, canını vermək istəyir. O, amma keçdik orada istiqlal, yani buradan geçənlərsə o fəda lazımdır orada. Fəda, yəni ona görə fədai dəstələrdir bizim tariximizdə qururlar. Ona, amma keçdik orada istiqlal və federalizm, məsələn, istiqlal məsələsi, əgərsə desək, yəni həzinə vermək, yəni bədəl ödəmə desək, çox böyük bədəl. Yəni mənim qorxum var orada. Qorxum var ki, çox, yəni qeyri-lazım çox bədəl ödənəcək orada. Çünki o ayrı bir şeydir yəni. Bugünkü tarix və hüquqla hadisələr ki, gedin baxın da şeydə də, məsələn, Çəçənistana baxın. Nümunə, gözəl bir nümunə, hətta istiqlal istəyirlər Çəçənlər. Özdə savaşçı adamlardılar. Biz bilmiyoruz nə qədər savaşçıyız. Ben soru soruşum cənabınızdan. Pakistan Hindistan'dan ayrıldı ve ayrılanda çox ölü verdiler ve çox da mühacir. Dünyanın tarihidən görsənməmiş bir nüfus yerbəyir oldu da. Yani buradan getdilər, oradan gəldilər buna. Sizlər istiqlalın bu qədər ərzişi var. Əgər istiqlal əgər yəni əlverişli olursa, əlbəttə ki, ərzişi var. Əlverişli olsa, çox da böyük ərzişi var. Amma bizim bəhsimiz şüar vermək və ya duygusal davranmaq deyil ki, məsələn, indi çox adamların için dedim də, bizimkilər, məsələn, olar ki, mənim teorumda istiqlalçılarla federalçılar yan yana Çin-Çində savaşmalıdır, bu haqqı aparamalıdır İranda, anayasaya bu haqqı ayrılma haqqını geçirməlidirlər. Orada, yəni, hissi baxımından arzu da hamı istidir, arzu var. Kütlənin hamısının içi, tək hamısının, hətta bir nəvələ deyərəm yoxdur ki, istəməsin. Məgər ki, asimil ola. Çində bu istiqlal istəyirik, amma heç bir o sözlükliyi arzumuzdur. Hər şeylə danışıq gizlətməzlər, deyələ arzumuz istiqlaldır. Amma niyə? Niyə dəlidirlər? Bilmirlər, təcrübələri yoxdur, filan yoxdur, yox. Bilirlər ki, yasal dəstəyi əvvəl yapacaqlar, düzəldəcəklər, ondan sonra yol gedəcəklər. Yoxsa çox böyük həzinə verərlər. Biz də istiqlal yolu çox böyük, yəni itirmə, çox böyük həzinələr və maliyyətlər verir. Sorun budur. Çox qırağa gedirsiniz, mənim də zehnimizi atışdırırsınız. Soru budur, müşəxəs. İstiqlalın o qədər ərzişi var ki, ona yüzlər min qurban verirlər. Yüzlər min insandan danışıram. Baxın, yəni, əgər əlverişli olursa, əlbəttə bir məsul siyasi rəhbər, lider, ya liderlər də bir nəfərin söhbətlərdə partiyalar bir araya gəlsin. Mən ona etiqadım var Azərbaycan haqqında. Bir partiya deyil, partiyalardan oluşan bir liderlik əldə etmək lazımdır vəziyyətimizə görə. Baxın, istiqlala getmək onurlu bir hərəkətdir. Amma əgər əlverişli olmasa və sən bir həzinə, yəni o liderlik, bir həzinəyə gedə ki, o həzinədə itki çox ola, itki. Onun, o liderin məsuliyyəti, yəni o liderlərin məsuliyyəti olsunlar gözünə əcəba dəyəri var ya yox. Müstəqim cavab verin, mən rahatlaşdım. Mənim sualımı fırladanda məcbur olan bəhsə girəm. Baxın, istiqlal üçün, məsələn, yarım milyon insan ölsə, razısız istiqlaldalıq yox. Məndən o sual soruşmayın, mən bir nəvərində qanun burnunun qanunçulmağını istəmirəm. İstiqlalın önəmi. Mən insanın ölümünü... Mən sizə dünən nə dedim İsracın? Ölməkdən, kəsməkdən, asmaqdan, düşməndən, bu sözləri az edəcək. Bax, biz bir siyasi dillə danışırıq. Siz mənkələ... Baxın, yox, o bir siyasi ədəbiyyatın ağırlığı bir danışıqda hifz olmalıdır. Yəni, ədəd insanın öldürməsinə insan kimsə razı ola bilməz. Ona görə siz mənim dilimi, siz mənim siyasi ədəbiyyat və diplomasi dilimi başa düşməlisiniz. Sizdən bir teorik sual soruşuram. O da budur ki, demirəm öldürün adamı, demirəm ölümə verin. O demirəm. Deyirəm istiqlalın sizin nəzərinizdə
ərzişi o qədərdir ki, ona 500 min insan fədakarlıq üçün getsin, onun yolunda şəhid olsun. Sizə teori soruşuram. Şimdi mən sənə deyirəm, baxın, qulaq as. Teori soruşuram, demirəm göndərin. Teori soruşuram ki, ərzişi var. Mənim sizdən təmənnam budur ki, hətta bir insanın ölümünü dilinə gətirməyəsiniz ki, bir nəfər ölsün filan olsun. Amma vaqiqiyyətdə var. Siyasətdə bir dil var, onu öyrənməz lazımdır. Siyasətdə bir dil var, diplomasının bir dili var, o dili öyrənmək lazımdır. Onun adı biz nə qədər hazırlıq maliyyət verək, onu deyə bilərik. Amma insanların canını burada keçib 500 min geçsin filan, bu çox faciəli bir şeydir. Yaxşı, indi sözüm mənim odur, o saat cavab. Baxın, bir, o liderlər ki, qərar verəcəklər. Ya şərait, ya əgər əlverişli... Fikir eləməyin onu, bütün onlar buyurduqlar. Olsun. Əgər əlverişli isə ki, mən dedim əlverişli isə, onu liderlər qərar verəcək ki, o maliyyat ki, onun almasına qoyurlar, həqiqətən millət və ölkə üçün yəni müsbətdir ya mənfidir. Məsələn deyək, görəcəklər ki, məsələn deyək də, görəcəklər, əgər o istiqlal geçsələr, məmləkətin topraqlarının hər yeri yanacaq, yanğın içinə düşəcək. Məsələn, o lider deyəcək, əgər hər yeri yanacaqdır, mən onda bir qərar verməliyəm. Yəni, oradan o liderlərin məsuliyyətindən ki, qərar versinlər, bu maliyyatla gedək, ya getməyək. Tamam, təşəkkür ederim. Hangi düşüncələr və güclər İranda məhkum və əsir olan millətlərin istiqlalı ilə müxalifdirlər? Hangi millətlər müxalifdirlər? Hangi güclər ya düşüncələr? Məncə İranda güclər və düşüncələr. Elə, onu istedim deyim. Bakın İranda istiqlalçılardan sonra hamı müxalifdir istiqlalına. İranda istiqlalçılardan sonra çox az bir kəsimdə 80 milyonlu müqayisədə bəlkə heç 1% də deyil. Ona görə o qeyri-istiqlal istəməyənlər hamısı müxalifdir, istiqlal istəmirlər yəni. Fəqət istiqlal istəyənlər müvafiqdirlər. Bunların içində bir kəsim naağahlıqdan, bir kəsim faşist olmadan, bir kəsim şovinist olmadan üzdürə, bir kəsim naağah olmadan, bir kəsim yox. Həqiqi ağahlıqdan ki, bu yol düzgün yol deyil deyə məsələn, düşüncə əsasında, düşüncə deyə yox, məsələn deyir. Çox fərqli kəsimlər var bu arada ki, niyə müvafiq deyirlər. Amma sayı baxımından istiqlal istəyənlərdən sonra hamı müxalif. Tamam. Teşekkür ederim. Suala kısa cevap verirse çok güzel olur. Görürsünüz. Her yerde olmur ama burada oldu da. Tamam. Eğer bir millet ya milletler onların düşünce sahipleri, yani mesela millet ki aktivistler. Düşünce sahipleri ondan yaşlıdır yani. Ben düşünce sahibi çünkü fəlsəfəni ötürürsüz ortaya fikri. O özü yayılır. Eğer bir millet ya millətlər istiqlal istərsə və istiqlal üçün iradə də edərsə, gücü də əldə edərsə, nədən o millətlərin istiqlalı müxalifət ola bilərlər o güclər və yaxşı güclər? Yaxşı, indi əvvəla sizin bu ifadənizdə böyük yanlışlıq var. Deyirsiniz, əgər bir millət istiqlalı istərsə, bir millət istiqlala iradə edərsə, bu millət kimdir? Bir partiya mı? Bir kəsim toplumundan mı? Toplumun %% mi? 20% mi? 10% mi? 5% mi? Bunu biz bilmirik. Mesela biz indi deyə bilərik ki, məsələn, diqqət edeyim, bir daha da burada parantezi kimi istəyirəm deyim əhəmiyyəti. Bu qadın yaşam azadlıq hərəkatının ortalarında yəni təcziyə tələblıq bir sorun oldu. Bəhs oldu. Hətta məndən də müsahibə elədilər. İran International mənim özümlə də danışdı, o zəngi vurdular. Şu müsahibə elədi. Belə bir şey var ya yox. Məsələn, təcziyə tələblıq. Düzsüz suallar idi. Bəluçlarla Kürdlərin təcziyə tələb olmağını soruşurdu. Belə bir şey var orada yox. Türklərdən heç kəsə soğuşmadı. Halbuki mən özüm Türkçəm, o da bilir mən kiməm. Zəy vurub. Amma Türklərdə təcziyə tələb var, yox, soğuşmadı. Amma dedi, Bəluçların hərəkətində belə bir şey görürsünüz. Kürdlərin hərəkətində belə bir şey. Diqqət edirsiniz. Yəni, biz ki təsəvvür, yəni siz, yəni şəxsisiz. Təsəvvür edirsiniz ki, millət istiqlal istəyir.
O xəbərnigar ki, fili adam axtarıcı desin, bura tərcih tələbdilər, Azərbaycan adı gəlmədi. Yəni nə mənə? Yəni Azərbaycanın bu istiqlal tələbdir o filan. Məsələn, o səviyyədə də ki, adı gəlsin əsər. Yəni o mərhələyə çünki adı deyilsin, belə bir şey var. Yəni media Bəluçistanın kütləri ittiham edir. Yəni orada o bir şey ola bilər deyə. Ona görə mən bunu bu cür deməlisiniz. Bir kəsim, toplumun bir kəsimi, aktivistlər də, qeyri-aktivistlər ki də, aktivistlər düşüncə sahibidir hamısı. Bir kəsim aktivistlər bir toplumda istiqlal istərsələr, o birisi millətlər niyə müxalif olsun? Bu sual verə bilərsiniz. Millət istiqlalı deyəməzsiniz. Millət 10 milyon Azərbaycanda adam var. 10 milyon neçə faizi şeydir, istiqlal, siz bunu bilirsiniz, deyə bilərsiniz. Deyə bilməzsiniz, biz də bilmirik. Bəlkə çoxu, bəlkə azı, bəlkə filan. Amma bilirik ki, çoxu deyil. Çünki çoxu olsa onun təbarüzü, birunusu olar. Görüntüsü olar, eşik görüntüsü olar. Mesela diye bir hareket güçlü olsa toplumda partiyaların yüzünü çoxalar. Bir toplumda bir hareket çok olsa medya, yani dergi mergi çok olar. Bir toplumda çok olsa onun televizyonu olar, imkanı malışı olar, çok büyük televizyonlar olar filan. Yani çok nişanlar var. Bir balacası istedim sana. Ama bizimkinde de bir şey görünmür. Yani çok bir balaca kesimdi. Yoksa balaca kesime iradesi hakkıdır yani o bir şey istersin, o bir şey düşünsün. Ama milletin isteği bu. Milletin isteği bilirsin orada belli olacaq. O seçimdəki əvvəlin seçim keçəli məclisə təyin eləsindəki nə istəyirlər, nə istəmirlər. Millətin seçimi, onda biz inqilabdan heç vaxt danışa bilmərik. İranın rejiminin getməkdən heç vaxt danışa bilmərik. Çünki bilirik ki, neçə nəfər istəsə millət deyə bilmərik, millət rejimlə müxalifdir. Deyə bilirik ki, roşan fikirlər müxalifdirlər. Bəziləri də çox belə hesabı müvafiqdirlər Cumhur İslami ilə. Yəni bunu sizin məntiqinizlə danışsaq ha, dəqiqən o məntiqdir. Mənim məntiqimlə oraya yetişir ki, müxalif yoxdur yəni Cumhur İslamiyə. Cumhur İslamın həyatı, tarixi, mərdumun müxalifətidir onunla. Azərbaycanda ki, hərəkət göstərir. Orada rəy verir ona, orada şey vardı, parlament var, millət, 5 milyon xarməndi var, millət işləyir, mədrəsiyə gedir, yaşır. 5-10 nəfər xanımlar durublar, işləyir bir şey ediblər, rafimalıq ediblər. 5-10 nəfər də içəridə. Əziz Hidayət bəy, geçən ən son seçimdə, mən daha müsahibə eləmişim televizyondan. Ən son seçimdə, məclis seçimlərində Tehrandan 7% %7 insanlar rəy veriblər. %7. 93% Tehranda intihabata seçimdə iştirak etməyiblər. Bunun xəbəriniz yoxdur elə. Onlar rəy verməyiblər. Dəlildir ki, Cumhur İslaminin davasında deyirlər. Məsələn, Cumhur İslami iddia edir ki, üzr istəyirəm. Rəis Cumhur öləndə 12 milyon adam gəlib xiyabana. İddianı ötürün. Bu seçimlər mi? Bu xəbərlər rejimin öz xəbəridir. Məndə cənablar 10 dana Tehranın, İranın 10 dana 10 şəhər, böyük şəhərlərdə, 10 dana böyük şəhərində seçim səviyyəsi 7-də idi. 7%. Yani bunlar danışmıyor. Kitap başka sorulara. Getaq publisinə. İstiqlal iradəsi. İstiqlalı əldə etmək bir uluslar arası. İstiqlalın iradəsi və istiqlalı əldə almaq. Acaba uluslar arası əxlaqi, siyasi və hüquqi midir? Əxlaqı qoyaq kənara, əxlaqa dəxli yoxdur bu mövzunun. Həqqə və hüquqa dəxli var. Hakkı var tələb eləsin. Hakkı var tələb eləsin. Əlbəttə ki, hakkı var. Bir düşüncədir. Gətirib istiqlaliyyət bir tarixi siyasətdə mühüm bir yeri var. Amma hüquq onu dəstəkləyir. Uluslararası hüquq, beynəlmiləli hüquq yox, dəstəkləmir. Amma bir daha bir şey var. Baxın, istiqlal, baxın görürsünüz daha bu istiqlal dövlətlər yarandı da. Sovyet Birliği dağıldı. Məsələn, orada 15 ölkə düzəldi. Yugoslav filan. Buralarda bir daha da bir şərt var. Bir şərt də var istiqlaliyyət almağa bəzi bölgədən ki, göstərildi daha bu bəzi Afrikai ölkədə və Kosovada da görürsəndi. O da qətliamdır. Yəni xalqın qətliamı olandan sonra beynəlmiləli güclər gəlib siyasi, nizami müdaxilə edib və oradan sonra layihəyə götürülür. Beynəlmiləli məhkəməyə götürülür ki, orada bir qərar versinlər. Yəni qətliamıdan sonra. Yəni bu şeyler bu da var yani. Ama bizim siyasi strateji grup, biz mesela siyasi strateji grup kurabilir ki ya bir siyasi strateji bir dakika. Bir siyasi strateji grup ki gelsin bizim halkımızı qətliam eləsin ki istiqlal edecek. Böyle bir siyasi strateji kurabilirsen sen. Onun əvəzində də məsələn indi sizin bu fərmayişinizi istəyirəm nəqs edeyim. Afrikada, o cümlədən Somalidə. Harda? Somalidə. Məmləkət iki yerə bölündü. Somali Cənubi oldu da, yəni bölündü. İki dənə müstəqil məmləkət oldu. Dövlət
Derler bunu kabul edecekler, eylemeyecek. Orada 2 tane devlet var. Sazman-ı Millet'te çok keşverler var, bilirsin. Sazman-ı Millet'te ünlü değiller. Bu devlet bunu değil ki, bu Sazman-ı Millet. Ben müstakil bir memleketim, Sazman-ı Millet'e üzv olmuram. Tutulucu etti. Yaxşı, bax, Hidayət bəy, baxın, əvvəla Somaliya, o Somaliyalandır siz adını təhdiniz. Somaliyanın bir quşasında. Onu heç kəs rəsmi tanıyıb, Somaliyalı heç kəs, yəni o dövlət deyil o. O bir, Sazman Millet'də zatda da heç şey pozisyonu yoxdur, mən onu bilirəm. Yəni, baxın, sizin bu sözü şahad edirsiniz ki, Sazman Millet'ə dəxli yoxdur. Bu sözü siz bir daha siyasi ünsürün yanı, gedərsiniz bir daha, dünyaya siz və siz birine bu cümləni deyəsiniz, ha? Yəni, deyəsiniz deməyim. Deyim ki, deməyin heç zaman. Mühüm deyil Sazman bizi. Yəni, dövlətlər bizi rəsmi tanımır. Dövlətdə sən rəsmi tanırsan, ölərsən. Çörək gəlməz ora. Su gəlməz ora. Bərgi gəlməz ora. Ölər, cəmaat orada acından ölər. Yəni, necə ya dövlətlər rəsmi tanımasınlar? Belə bir dövlət var bu dünyada ki, ora su, bərgi gəlməsin. Ona görə lütfən, baxın, lütfən müstədəl. Biraz da mən dedim sizə, bu təcrübəyə siyasi, baxın, görün dövlətlərin, bir daha dövləti bir dövlətlə rəsmi tanıması, o dövlət yox. O xalq orada acından ölə bilər. Çünki orada heç kəs əlaqə qurmaz orayla. Çünki orada tanımırlar. Bu sözü demeyin. Bu sözü desəz, yəni bizim xalqımızı bu sözlə götürüb ölümə götürə bilərsiniz. Siz çox məsulanə düşün. Yox, məsulanə düşünməlisiniz. O bizim milyon insana düşünürsünüz siz. Görün, belə bir şey olsa zərər, siz gəlib daima bizim xalqımıza zərər dəyməsin diye düşünərsiniz. Ama düşün məsələdə dünyada tanımasınlar bizi, amma biz bir dövlət olaq. Siz Gebresə baxın. Gebresə neyini? Türkiyənin sərmayəsini ayaq tutsa. Türkiyə olmasaydı orada ölərdi de heç kəs orayla muamele edemez. Heç kəs gəlməz, heç kəs getməz. Tutuldu getdi. Böyle bir şey olar. Sen istəyirsən bir daha məmləkət gətirsən orada qurudasan, sulağın qurudasan, daima məhv olsun. Hamı qarşını oradan quru torpağa çevirirsin. Böyle bir şey olur mu? Böyle bir düşünce ola bilmez. Lütfen. İstiqlala iradə edən millət üçün müxaliflərin nə önəmi var? Önəmi budur ki, çox mühüm sualdır. Bu da mühüm sualdır. Qəşəng suallarım var. Bir tane o deyim sizi təqdir edəməliyəm. Çünki yəni istiqlalçı kimin bu sual tərh eləməz də önəmlidir, gözəldir. Yəni çünki qaçardıq ki, bu sualları verməyəsiz ki, istiqlal nəqd olmasın. Amma verirsiniz suallar, əlləriniz ağrımasın. Yəni ağzınız ağrımasın. Baxın, nə önəmi var? Biz toplumsal yaşayan, bax, biz insanda toplum yaşayırıq. Əgər sənin çevrən olmasa, sən yaşaya bilməsən bir nəfər. Sənə bir nəfər lazım ki, ondan evlənəsən, uşaq doğru edilsən, bir yerdə yaşayasan, qonşu ilə əlaqədə olasan, iqtisad qurasan, yəni yavaş-yavaş böyüyüb şəhər düzəldirsən və idarə edəsən. Sən eləyə bilməsən deyəsən ki, o birisilərin önəmi bizə yoxdur. Biz o birisilərlə bərabər yaşamaq deyir. Yaxşı, ona görə başqalarının nəzəri bizim istiqlal almamızda ən önəmli rol oynayan faktorlardan biridir. Niyə? Çünki müxalif olsalar qabağını alacaqlar, eləyə bilməyəcək. Muvafiq olsalar çox sürətlə alacaq. Müvafiqlərlə müxaliflər biraz çabə ilə bəlkə bir işlər görə bilərik, ala bilərik. Yəni, birazını nəzərini cəlb edərik, birazını nəzərini cəlb, amma biraz güclü, daha güclənər hədəfə yetişərik. Amma müxalif olsalar heç zaman və düz də deyir. Yəni sən bir iş görə bilməsən deyə. Mənası budur. Tamam. Fəqət istiqlal deyir, ha? Fəqət istiqlal deyir. Qoyun bir daha da bir şey deyim burada. Bu istiqlal üçün deyir, fəqət federalizm üçün də ucurdur. Biz bilmirik federalizmi ala biləcək, o gücümüz olacaq. Gəldik bu seçimlərdə hamısı getdi mərkəzi Azərbaycan'a, bu Azərbaycanımız. Gəldilər bizim partiyalara, milli partiyalara 10-15%, 20% rəy verdi. Məsələn, 80% getdilər CP milliyə, Hizb-i Tudiyə, kimə rəy verdilər, bizlərə rəy vermədilər. Bu Azərbaycan məclisində, onda biz nə edəcəyik? Əsləhə götürəcək olar, öldürəcəyik. 80% öldürmə olar. Yəni, görürsünüz, biz bilmirik. Ona görə deyirəm ki, ehtiyatla, zərafətlə filanla, biz çalışmalıyıq. Bu nəzər, bu xalqı öldürüblər, bu xalqın beynini yiyiblər, bu xalqı cəlb etmək üçün zəhmət lazımdır ki, analiz edək, nə edək və bu xalqın rəzəni cəlb eləyək bizə və rəyin alaq. Yoxsa federalizm də mümkündür vermədilər, zorla eləyə biləcəksin. Mən məsələn deyəm ki, toplumun 15-20% mənə rəy versin, ondan sonra hamısı İrançı olsun. Tamam. Arz edeyim xidmətə geçirib İran bəhsinə. Çox Qayıtdədən, vay. Gəncə şirin Farsi. Qoy bir görək indi İran qavramı
sizin üçün baxın bu gün 4 saatı saxlayacağam sizi. Uzaldırsınız sözləri. Uzatmayın, lütfen gedin. 6 dənə suala cavab vermirsiniz 2 saatda. Əlbəttə uzaldıram, eşidənlər üçün yaxşıdır. Yəni bir materialda yəni biraz Sualım qabaqda var da, mənim hey sualım gələcək. tamam yazın. İndi İrandan başlayaq da. Lap belə İran. həssas nöqtəyə çıxır. Həssas nöqtə. İran qavramı, bu söz, İran sözü. Sizin düşüncənizdə hangi təriflə tanımlanır? Nə tərifiniz var İrandan? Yəni iki dənə hiss var onda ondan. Yəni bir tərif, bir də bir hiss vardı. Bir tərif Tamam. var, bir də hissi vardı. Tamam. Mənim içimdə də. Bir tərifi bir ölkənin adıdır. Bir ölkənin hüquqi cəhətdən tərifdir da, yəni bu. Hüquqi cəhətdən bir ölkənin adı, siyasi coğrafiyadır. Təəssüflə bu siyasi coğrafiyanı quranlar bizim ata-babalarımız olublar. Amma axirdə gətirib adını İran ediblər. İkinci hissim ki, biraz müsbət deyil və mən olsam İranda, İranın Milli Məclisində, həmən o məclisi deyirəm ha, ki, orada 51% rəy gətirə bilsə, federalizm keçidə bilər. Orada İranın adın dəyişməsinə təklif gətirirəm mən. Niyə? Çünki İranın adı yalnız bir xalqa aid bir addır. Yəni Fars xalqına aid bir addır. Halbuki İran bir neçə milliyyətli ya multietnik bir ölkədir, ya kəsirmillə bir ölkədir. Bu ad gərək layiq bu xalqlar ola ki, orada yaşayırlar. Halbuki o xalqların İran adı heç bir başqa xalqları təmsil edən bir durumda da bu kəlmə, bu söz. Ona görə mən bu zehnimdə çoxdan var, indi sözdə əslində danışıram. İranın adının dəyişməsinin tərəfdarıyım. Amma zorla olan bir şey deyil, bu məclisdə ola bilər. Məclisdə 51% rəyimizi ala bilsək, olsa rəyimiz, biz orada İranın adını dəyişə bilər. Bundan belə ölkənin adı bu olsun deyə düşünmək olar. Sadəcə bu dəlləki biri etniki orada nümayəndəlik edir, bu ad ondan müxalifsiz, yoxsa bu adın altında bir ayrı bir yox, elə o ad da, yəni o adın, o əvvəla ad xalqları İranda təmsil etmir. Sonra bu ad unvanı ilə daxili istimar siyasətində çox böyük bir rol oynamağını düşünürəm. Yəni bu kəlmə ilə. Ona görə bu kəlmənin, yəni məmləkətin adın multietnik məmləkətə layiq olan, yəni düzgün düşünməli lazımdır, bilimsel iş lazımdır buna. Yəni mənim şəxsi adım filan vermədə və hamıya aid, yəni xalqa aid bir ad, yəni federal dövlət isə, federal bir dövlətə aid bir ad olursa daha yaxşı olur. Onun tərəfdarıyım, İran adının dəyişməsinin tərəfdarıyım. Yəni oldu bir məmləkət adıdır bu gün, gerçək budur, hüquqi cəhətdən. Bir dəfə də mənim hissimidir İran sözünə. İran qavramını siyasi görürsünüz, kültürel görürsünüz, topraqsal görürsünüz, dilsel görürsünüz, dinsel görürsünüz, etnik görürsünüz. Nə görürsünüz? İran əgərsə, yəni bir dövlət kimi, yəni baxaq ona ki, o cür baxmağımız lazımdır. İran dövlət, yəni siyasi coğrafiya və dövlət görürsək, orada o dediklərinin hamısı var. Amma hansı mühtəvada vardır fərqlidir. Yəni, məsələ, kültür məsələsi də var, topraq məsələsi də var. İndi siyasi bir dövlətdir, onun bir siyasi coğrafiyası var. Amma o siyasi coğrafiya... Adın özünü soruşuram. O İran kəlməsi. İranın kəlməsi, bilirsiniz, İranın kəlməsinin kökü bizim tariximizdə. O bizə də indi biraz tarixdə, mən tarixdən çox bilmərəm, amma bəzi şeyləri oxumuşam, ona deyə bilərəm biraz bu tarixdən. İran kəlməsinin tarixdə var olmasının kökü İran siyasi ölkə kimin deyil. İran fəlat-ı İran. İran yaylığı adında tanınmışdır. Yəni, padişahlar, qədim padişahlar, məsələn, türk şahları, türk xanedanları öz qudrətlərin, şövkətlərin göstərməkdən ötür. Hər zaman yazanda, məsələn, məktubu yazır filan padişaha desin, bu kimdir? Dedim, mən İranla Turana hakiməm. İran deyəndə məmləkət deyildi. Çox böyük bir yayla, böyük bir dəşt deyil. Dəşt yox, dəştdən çox böyük. Fəla, çox böyük bir, yəni bugünkü İran siyasi coğrafiyasından daha da. İranda, qollən tarixdə də İran sözünün gəlməsi daha çox bu yaylıya, bu fəlata dəxil olan bir şeydir.
ölkə adına. Ölkə adı deməyir, taza bir Tamam. mövzu İran. Tarixdən çıxaq. Tarixdən çıxaq. Çünki istirik qısa gedək. İran Tamam. bu günlərdə bu kəlmə ki İran var, bu siyasi bir kəlmədir, kültürəldir, Bu topraqsəldir, kəlmə məqamdır. İran kəlməsi Riza Şahın, yəni mən o sənədi tapmağa çalışacağam. Bu mətləbi yəni BBC-nin bir professor, tarix professoru, Əfqanlı tarix professorunun məqaləsində oxudum ki, Riza Şah İran sözünü bu məmləkətin, yəni bugünkü İran adlanan məmləkətin adı kimi istifadə olmasına bir məktubla təqaza, yəni izn istəyib. Və Əfqanistanın padişahı, bilirsən də burada İran, İrna, yəni bu şeylər hamısı Əfqanistanda bugün vardılar, çox şeylər. İrana, bəli. İrana filan bu şeylər. Yəni daha çox Əfqanistana aid bir sözdür və ondan izn alıb və padişahın müşavirləri ki, müxalif imişləri hətta padişahın nəzərindən, amma padişah müvafiq nəzər verib və o kəlmə İranda, yəni İranda işlənsin. Bilirsiniz, İranın tarixdə ad, yəni ölkələrin ad məsələsi, əlbəttə İran məsələsinə, ad məsələsinə gəldiyimizdə bu ölkələrin hamısı heç birinin sabit adı yoxdur ki, nə ki İrana heç sabit adı yoxdur. Hər bir ölkəyə bir padişah gəlirdi, öz ailəsinin adını qoyurdu, ya bir şeyin adını qoyurdu. Yavaş-yavaş bu yeni tarixdə, yəni Birinci Dünya Savaşından sonra, ələlxüsus İkinci Dünya Savaşı subat, yəni sabitləşmiş adlar filan olmuş üçün qeydiyyata keçir, hüquq məsələsi gəlibdir. Ölkələr orada bir camiə millər düzəldi əvvəl Birinci Dünya Savaşından sonra. Orada qeydiyyatın içində sabit ad lazımdır. Sonra İkinci Dünya Savaşından sonra o Birləşmiş Millətlər orada daha təsbit oldu da adlar. Ona görə o zamana qədər, yəni ondan qabağa qədər İranın, yəni hər ölkə xüsusidir. Məsələn biz indi Almana nə deyirik? Alman deyik, Alman. Məsələn Fransızlardan ki, Farslar Fransızdan aldılar. Ya Türklər deyirlər Almaniya. Biri deyir Deutsch, İngiliscə ona deyirlər Germany. Bax, adlara bax. Bir-birinə heç dəxli yoxdur yəni. Yəni Germany hara, Deutsch hara, Alman hara. Ya məsələn çox fərqli məmləkətlərin adları var. Məsələn indi İsveç, Sueda deyirlər Türkçə İsveç. Fransaya, Farsça deyirlər Sued və İngiliscə deyirlər Sweden. Amma İsveçlər özlərindən deyirlər İsveriya. Tamamen ayrı bir şey. Yəni ona görə qədim ölkələrə hər bölgə özü bir ad qoymuş. Yəni məsələn bir o ölkə özünə bir ad qoymuş. Məsələn padişah ki adını filan qoydu. Bir tərəfdən də xaricdən hər kəs məsələn bir ad qoydu. İrana, bu İran bölgəsinə uzun zaman Herodot zamanında Herodot gəlib dolanıb Persiya işlədib. Avropalılar İrana Persiya deyirdilər o bölgəyə. Amma Avropalılar yalnız Persiya deyirdilər. Ərəblər başqa şey deyirdilər. Türklər başqa şey deyirdilər. Ona bir daha məqalə vardı, bir dənə Əfqanistanlı yazıbdı. Onu tapa bilsəm onu qoyaram heç də görsünlər. İranı nə adlanırmış. Sonra amma İkinci Dünya Savaşından sonra Subat Tabov filan verməm. Bu ad İran adı təsbit olub. O İran adı tarixi ucuzsudur. Əfqanistan alınmış bir şeydir. Yəni vəziyyət budur indi. Çox budur. Məsələn bu söz ideolojikdir, siyasidir, nəcadidir, yoxsa coğrafiyayıdır. Yəni bunu bir belə ki buyurdunuz, bunların hamısı bunların üstünlüsün deyəcəm. Yəni İran adı Fars xalqının tarixinə, kültürünə, mədəniyyətinə aid bir addır. Yəni etnikdir, ideolojik deyil məsələn. Yox, İran kəlməsi sözünün mənasında İr filandan gəlibdir. Bəlkə Ariyaya bu sözlər deyirlər də, mən ona əlbəttə çox da inanmıram o şeylərə. Ariya filan. Yəni o ona aid Əfqanistandan gəlibdir. Əfqanistan xalqı ilə İran xalqının da çox yaxınlığı var da, Tacik xalqıdır da, Taciklərdirlər. Və bunların tarixindən qaynaqlanan bir ad deyib. Bunu gətiriblər, bu adı kəsirümlü ölkənin adına çeviriblər. Və onları başlatdım. Mənim adın kölgəsində bir dənə bir şovinisti siyasət aparıblar. O yəni İran dövləti adı ilə təəssüflə İranda. Yəni İran adını şovinizmlə bulaşdırıblar. Necatpərəstliyi ilə bulaşdırıb, istimari daxili ilə bulaşdırıblar və qeyri-fars xalqların yanında bu keçən yüzildə o istimari siyasətdən ötürü çox bir pis his yaradıblar bu sözə. Bir tərəfdən də bu söz bir xalqa aid, yəni bu kəlmə bir xalqa aid bir sözdür və
Dəqiqən Əfqanistan kimi, Əfqanistan sözü də fəqət Pəştunlara aid bir sözdür. Pəştunlardan sonra heç kəsə Əfqan deməzlər orada. Ona görə orada da yanlış bir sözdür oradakı Pəştunlara aid bir daha məmləkətdə adı olur. Gəlir o məmləkətdə adı dəyişilə məsələn, normal olursa, İran da olursa. İran adlı varlığı rəsmiyyətə tanır mısınız? Sizin hizbiniz yəni. Əlbəttə bizi rəsmiyyətə qaldı boğazımda o sözündə. Əlbəttə ki, rəsmiyyəti tanıyırıq. Biz bir federalistiyik, bu məmləkətin rəsmi adı, hüquqi adı və beynəlmiləli məraciətdə tanınmış bir addır. Onu biz rəsmiyyətə tanıyırıq bugün. Amma dedik də, əlbəttə bu ki, biz İranın adını dəyişək, mənim şəxsi fikrimdə, bu hizbdə bu bəhs olunmayıbdır. Hizbdə bu bəhs olunmayıb. Amma rəsmiyyəti tanıb bir ölkənin adıdır və təbiətən bunu biz hüquqi cəhətdən devam etməkdən sonra ayrı çarəmiz yoxdur. Türklər, Azərbaycan, Azərbaycanlılar, İran və İranlılar bu qavramları siyasətdə necə yan-yana gətirirsiniz? Türklər, Azərbaycanlılar, İranlı, İranlılar bunlar uymur bir-birinə. İranlı, yəni İranın vətəndaşı olandır. İranlı da yəni yine İranın vətəndaşı. İran bir ölkənin adıdır. İranlı, yəni İrana vətəndaş olan. Azərbaycan və Türk, yəni Azərbaycan Türklərin yaşadığı vətən, amma Türk orada yaşayan çoxunluğunda, hamısının deyil, çoxunun, yəni Türklərin milli kimliyi, Türk milli kimliyinin adı. Yəni İran deyəndə, baxın, bizim düzdür İranda bir siyasət gedir. Məsələn, İranda bir istimari siyasət gedir qeyri-fars xalqlarının əleyhinə və İran adı da İranın kəlməsi də buna bulaşmış bir durumdadır. Amma hüquqi nəzərə almadan bu təriflərin içinə girməyimiz düzgün çıxmaz. Yəni onu anlamaqda zorunluluq çəkərik. Biz gərək biraz ehtiyatla bu qavramların haqqında danışaq ki, yəni sui təfahüm, yanlış anlama meydana gəlməsin. Sizin sorunuzu mən başa düşdüm mü? Cavab verdim mi? Bilmirəm, siz sualınızı başa düşdüm mü? Yox. Yox, mən də bunu soruşurdum ki, məsələn, sizin hizbin düşüncəsində, fəlsəfəsində, anlayışında İran, Azərbaycan bunlar bir-birindən yola gelir, gəlmir. Bəli, bizim hizbin içində çünki biz federalist hizbik, Azərbaycan İranın bir dənə bölgəsi sayılır, bir iyaləti sayılır. Məşrutə inqilabının anayasasında da 4 dənə İranda iyalət var. Başqaları vilayətdir, balacadır. Vilayət yəni iyalətin balacası. Amma 4 iyalət var. O 4 iyalətin İranda o anayasasında biri Azərbaycandır. Yəni ən böyük bölgə sayılır. Ona görə İranın içində bir əyalət Azərbaycan biz hesab edirik, federalistlik daha istəyirik. O əyalətdə hakimiyyət qura bilər. İranı millətlər ölkələri varlığı bilirsiniz, yoxsa bir bütün ölkə bilirsiniz? İran bir siyasi coğrafiyadır ki, çeşitli xalqların varlığı ilə var olmuş durumdadır. Fərqli millətlərin... Xalqı kəlməsini işlədirsiniz. Yəni bunu baş tapmadım ona görə. Niyə millət demədiniz, xalqı dediniz? Orasını biz baş tapmadım. Ona da bir izah gətirim. Mən verən ki, sözlərimiz başa düşülsün, anlaşılsın. Ən xüsus daha fərqli yerlərdə yanlış anlamaya səbəb olmasın və mənim sözüm yanlış anlamasın və sözüm qəşəng başa düşünsün. Mən millət, etnik, etnomillət, xalq sözlərindən bir mənada istifadə edirəm. Tamam. Başladım. Tamam. Bu çox gözəl oldu. Çünki bunu o kitab yazılanda əvvəlində gətirsək daha şey olar. Tamam. Siz indi bu İranı çoxlu millətlər ölkələri bilirsiniz, yoxsa bir dana ölkə bilirsiniz? Bir kəsir millə ölkə bilirəm. Tamam. Sizin təşkilat İran adlı varlığın gələcəyi necə görmək istəyir? Bizim hizbin siyasəti bir federalist siyasətdir. Yəni varlığını davam etməlidir, edəcəkdir yəni hüquq əsasında. Amma mənim şəxsi hesabım bu idi ki, əgərsə biz
gələcək yəni müəssis məclislərdə, yəni federalçılar, nə biz türklər yox. Tamam İranın səviyyəsində federalçılar müəssis məclislərdə əksəriyyətdə olursa, İranın adının dəyişməsi mən bizim partiyə təklif edirəm ki, təklif eləsin, layihə versinlər ki, Milli Məclisin quruluşunda o yeni anayasanın, qurucu anayasa yazılmada İranın adı dəyişilsin. Yox. Uyğun adı. Gələcəyi nədir görürsünüz? İranın gələcəyi bir demokratik bir federalizmin qurulmasını uyğun görürük ki, nə qədər gücümüz çox olursa, yəni biz deyil də demokrat güclərin, məsələn, qeyri-xaric xalqların və mərkəz demokratlarının nə qədər gücü geniş olursa, çünki biz danışırıq bunu, biz bilmirik ki, nə qədər gücümüz olacaqdır. Biz bilmirik bunu, heç birimiz bilmirik. Nə qədər çox gücümüz ola bilsə ki, o anayasada bölgələrin daha çox yəni istiqlaliyyətinə, daha çox özlərinin idarə haqqına, məsələn, konfederal formada ki, eləyə bilsin, xalqlar yaxından siyasətlə uğraşa bilsin, bunu dünya siyasətində, demokratik siyasətlər arasında federalizmi xalqların ya insanların yaxından siyasəti uğraşmaq üçün demokratik açıdan ən demokratik sistem tanırlar. Ona görə nə qədər xalqlar ya bölgələr, daha xalqlar deyil, bölgələr, nə qədər bölgələr özlərinin idarə haqqında daha çox güclü hüquq tapsalarsa, o qədər demokratik olmasına inanırıq və o qədər də demokratik devam edə bilər deyə inanmaq lazımdır. Biz ona çaba göstəririk. Ümid edirik ki, ona əl tapaq. Arzumuz budur ki, o güclə o gələcək anayasa yazılsın. Yoxsa əgər zəif olsaq, vay halımıza. İstiqlalçılardan soruşuram bir sualı. Onu biraz değiştireceğim, sizden soruşam. Sizin təşkilat İranı adlanan siyasi varlıqda onlardan soruşuram federalizmə necür yanaşırsınız? Sizden soruşuram ki, konfederalizmə necür baxırsınız? Və istiqlala hətta, istiqlala necür baxırsınız? İstiqlala baxdığımızla istiqlalçılara baxdığımızın fərqi yoxdur. İkisi də birdir. İstiqlal, hər bir cərəyanı siyasi və hər bir insanın haqqı var, hər düşüncə sahibi olsa olsun və o düşüncəsini həm təbliğ etsin, həm organizə etsin, yəni təşkilat olsun. Onun Birləşmiş Millətlər İnsan Hüquqları bəyannaməsində qeyd olmuşdur və bu Azərbaycanda və kulli İranda və dünyada rəsmiyyət tanımasına biz çaba və çalışma göstərdik. Ona görə istiqlalçı və istiqlal tələbi də bir siyasi tələb kimi, normal tələb kimi meydanda olmasını çox demokratik və normal bir iş görürük. Ona görə ondan heç bir xusumət davranmaya gərək görmürük çünki haqq, onun hüquq deyir, onun haqqı cözdür olsun. Ona görə ondan daha çox işlərin məqasidimizə, daha hədəflərimizə daha yaxınlaşmaqda, yaxınlaşa bilib işbirliyi aparmağa daha çox düşünürük. Ta ki onun qarşısında duraq filan. Amma bu bu istiqlalçının bu siyasi alanda olumsuz bir yəni Azərbaycanı və Türk xalqını ziyan verici bir durum olsa onu da tənqid edərik, ki, tənqid edirik o fikirdə. Konfederalı necə tərif edirsiniz? Necə? Konfederalla federalın fərqində hani bölgə dövlətləri ya yerel dövlətlərin daha çox hüquqa malik olmasıdır. Fərqliyi biraz oradadır. Əlbəttə bilirsiniz, kodu federalizmi də dediyimizdə federalizm də çox çeşitli bir federalizmdir. Məsələn, Rusiyada da federalizm vardı. Məsələn, deyək ki, Kanadada da ya məsələn, burada Belçikdə də federalizm var. Burada çox güclüdür məsələn federalizm. Ya Kanadada məsələn çox güclüdür. Demokratik federalizmdə, yəni bir müşahirəti federalizm var ki, çox yaxındır. Yəni, hüquqlar o qədər məsələn bir-birinə uzaqda, yəni dövləti, mərkəzi dövlətindən, yerel dövlətlərin güclərində yəni fərq var, amma çox ciddi deyil. Məsələn, daha çox hüquq sahibi olduqca yerel dövlətlər o qədər konfederalizmə tərəf yürümək deməkdir. Konfederal yəni nə mənə? Özü əvvəl yəni nə mənə? Konfederal yəni nə mənə? Sistemdir ki, bölgələrin daha çox istiqlali öz siyasət yürütmələrində vardır. Yəni müstəqil deyillər amma. Müstəqil deyirlər. Yox, müstəqil bir ölkədilər, amma yerel dövlətlərin daha çox yəni öz haqları, yəni özlərini idarə etməkdə haqları var, istiqlali əməlləri var. Məsələn, mən bunu baş tapmadım. Məsələn, kim? Məsələn, hansı ölkə belədir? Bu ölkələrdə əlbəttə bizim bu gün düzgün konfederal dövlətimiz yoxdur, amma Suisdə yəni ad konfederal gəlir, amma əməldə biz bilmirik. Yəni mən dəqiqçi olmamışam ki, federalizmlə fərqi nədir, amma hər halda tərifdə bu ki, yəni deyildi ki, biz bunu tarix belə eşitmişik.
mən təhqiq eləməmişəm. Yəni bu gün elə cənabınızla sual üçün gəldi, ona görə bunu o əvvəl gündən də bunu saxlamışam zehnimdə. Burada soruşam. Konfederal biz belə bilirdik ki, məmləkətlər müstəqildirlər coğrafi olaraq. Sonra gəlirlər, birləşirlər, bir dəlail, məsələn Avropa kimi. Bunlar bir konfederal, yəni müstəqil məmləkətlər gəlirlər, mərzi götürürlər, şeylər götürürlər, bilirlər, məsələn birləşirlər. Belə bir şeyə konfederal bilirdik. Aha, diqqət edin, bəs bir dənə də burada sözü açıldı ki, mən ona cavab verim. Çox mühüm məsələdir ki, məsələn, mərkəzçilər tərəfindən federalizmin qurulmasını belə tozih edirlər ki, müstəqil məmləkətlərin bir araya gəlməsi ilə federal dövlət qurulur, ya konfederal dövlət qurulur. Federal və ya konfederal. İstidlalları budur ki, biz eləyə bilərik İranda federal düzəldək, çünki İranda fərqli dövlətlər yoxdur ki, birləşsinlər, federal qursunlar. Amma bizim istidlalımızda federalizmi əldə etmək iki yolla olmuşdur. Bir, fərqli dövlətlərin bir araya gəlməklə olmasıdır. Məsələn, Amerikanın federal ucusudur. Alman da bir tür olmuşdur. Amma çoxlu federallar vardır ki, içdə, yəni dərayət-i siyasi əsasında liderlərin o mərhələyə gəlib və federal sistemini qurmaqla məmşədir. Məsələn, Hindistan özləri qərar vermişlər ki, ora federal olsun. Məsələn, Belçik 1971-də bir daha təmərküz zira bir sistemi var idi. 1971-də sistem təmərküz ziradan federal sisteminə geçdi və ölkə 3 kantonun düzəlməsi ilə, 3 iyaləti dövlətin düzəlməsi ilə formalaşdı. Yəni, Etiopiyada məsələn federalizm taza düzəlmişdir və çoxlu yerdə federal dövlət, yəni iç siyasi dərayətdən qaynaqlanan forma ilə meydana gəlməsi mümkündür. Amma bunu belə desək daha yaxşı olar, federalizmlə konfederalizmin fərqini. Federalizmi də eləyə bilər bu federalizm sistemi bücür olsun ki, orada yəni mərkəzi dövlətin çox haqqı olsun. Məsələn, indi deyək Rusiyanın federalizmi. Amma konfederal formada bu iş mümkün deyildir. Konfederal formada bölgələr yəqinən çox, yəni öz siyasətlərini aparmaq müstəqildir və mərkəzi dövlət iqtidar sürə bilməz ona. Belə düşünsək daha düzgün olar. Yəni federal formada iki form var. Bir, mərkəzi dövlətin iqtidarı çox ola bilər yerel dövlətdə də. Rusiya federal deyildi, mən konfederaldan üstünlüyüm yoxdur. Konfederalda, yox, federalda təmərküzü qüdrət ola bilər bəzi şəraitdə ola bilməz. Məsələn, Rusiyada təmərküzü, yəni dövlət mərkəzi qüdrət çoxdur və federalizm Belçikdə dövlət mərkəzi qüdrəti azdır, düzgün federaldır. Amma konfederalda dövlət mərkəzinin qüdrəti ola bilməz. Yəni, hətmən ki... İndi, Avropa'yı müttəhid, bu konfederaldır. İndi konfederal formudur. Yəni, onlar istəyirlər, bəlkə onun adını konfederal qoymurlar, federal istəyir, yəni adlandırırlar. Amma bu günləri əməldə konfederal formundadır. Bu məmləkətlər özləri idarə olur və bir mərkəzi şeydə də yürüşüblər orada bir məşvərətlə bir... Əlbəttə, bu hələ o... Yəni, məsələn, Avropa Birliyi hələ varmayıb istədiyi yerə, istədiyi sistemə varmayıbdır indi. Məsələn, müştərək ordusu yoxdur. Çox yerdə də, məsələn, bəzi bölgələrinin pulu fərqlidir filandır. Yəni, müştərək pulu yoxdur filan. Yəni, ora getməkdədir. Ora gedəndən sonra deyəcək ki, bu konfederal formudur ya federal formudur. Sizin təşkilat bugünkü İranda bir konfederal sistem qurulmasına necə baxır? Yəni, elə müsbət baxır ki, elə müsbət baxır ki, olursa, əlbəttə bunu dedim, bunlar siyasi güclərin dəngəsindən formalaşan bir şeydir. Biz burada indi üçün ideal sözlər danışırıq daha çox da. Mən əlbəttə çalışıram ki, ayağım yerdə olsun, çox şeylər danışmayayım. Düzgün, yəni müstədəl danışmış olaq. Amma məsələ budur, güc dəngəsi nə cür qurulursa, əgərsə güc dəngəmiz zəif olsa, qurduğumuz federalizm də zəif olacaqdır deməkdir. Amma güc dəngəmiz yerində olursa və məsələ deyək də %51-i ölkə boyu başqa xalqlarla, demokratlarla bərabər %51-i əldə edilmiş o məclisdə, onda o istədiyimiz, arzu elədiyimiz sistem, yəni anayasanı yazıb və konfederal formunda federalizmi yarada bilərik. Çünki adında federalizm niyə qoyuruq? Diqqət edin, bir dənə cümlə deyim. Biz federalizmdən danışmalıyıq, amma konfederal qurmağa tərəf gedə bilərik. Lazım deyək konfederal adını deyək və qorxudaq birini. Necə ki, istiqlalın adını verməmək lazımdır ki, qorxmasın. Federal adı ilə kütlər gedirlər ki, istiqlal qurmağa. Mən də buna
cənabınıza ərz elədim, dediniz ki, siz öz yanınızdan deyirsiniz. Ərz edeyim xidmət sizə ki, dünya gücləri, qonşu ölkələr, Bir əvvəldən deyil. dünya gücləri, əvvəl qüdrətlər, qonşu ölkələr, İran adlanan yerdə türklərin istiqlalına necə yaxınlaşırlar nəzərinizə? Ya yaxınlaşarlar gələcəkdə? Bu pəncərə ki, siz indi bu sualı tərh eləmişsiniz, çox alladıcı bir pəncərə bu sual ola bilər. Çox alladıcı. Çünki biz bu suallardan, istintaclardan elə bilə oraya çıxaq ki, kollən başqa dövlətlər, başqa yanında qonşudur. Heç bir dövlət başqa dövləti özündən güclü istəməz. Çünki rəqabət var da, güc rəqabəti, güc balansı var. Ona görə dünyada heç dövlət başqa dövlətini özündən güclü istəməz. Biz bu istiqlaldan, əgər istəsək istiqlal federalizmiyə çıxaq, onda çox böyük zərər görərik. Burada bu söz, yəni bu da ölkə, o birisi ölkənin özündən güclüsünü istəməz, bu başqa sonuçlar verməz. Yəni istiqlal federalizmə dəxil olan bir mövzu deyildir. Yəni bu məsələ dünyada hakim olan hamı bu cürsüdür. Mən əslində bu zehnimdə yox idi heç mənim. Hardaysınız getdiniz bura? Mənim sualım bu. Qabaqca bunu demişsiniz. Qabaqca bu sualı verdiniz ki, ərəblər İranın zəifliyini istəyirlər. O ayrı bir şey. Əslində o bəhsə getməyim. Mənim zehnimi dağıtmır. Metodik baxırsan həman sualdır. Mənim sualıma cavab versəz, çox rahat keçərim. Tamam, cavab buyurun. Dünya gücləri, qonşu ölkələr, İranda türklərin və Azərbaycanların istiqlalına necə yaxınlaşırlar? Onun cavabı gün kimi aydındır. Ölkələr hamısı uluslararası hüquq nə deyirsə o əsasda Azərbaycan və türklərin hüququna baxarlar. Uluslararası hüquq belə heç yerdə işlənmir axı. Türkiyə getdim. Türkiyə getdi məsələn Kürdlərin nəzərsəndisini qəbul nə idi o Əraqda? Referendumu qəbul eləmədi. Vurdu getdi İranla Türkiyə. Çox gözəl. Cinə gəldiniz gözəl yerlərə ha. Özünüz gəlirsiniz, düz düşürsünüz o gözəl yerin ortasına. Mən cavabınızda nə soruşuram? Soruşuram ki, bölgə dövlətlər, belə dünya gücləri bizim istiqlalımıza necə baxarlar? Baxırlar. Bir daha problem var. Qoyun biz ona bir daha bir genel cevap verim sizə. Ki, niyə? Baxın, bir təsəvvür var. Genellik alsın, sonra mən soruşaram. Yox, onu deyim. Yaxşı, bax, cevap budur. Onun cevabı çox aydındır. Cevap budur ki, ölkələrin hamısı ələlxüsus Orta Doğu, Afrika, Orta Doğu, Asiya. Bu ölkələr hamısı multietnik dövlətlərdirlər. Bu bir dana zərərli bir dana bir şeydir. İstiqlalçılara zərərli bir şeydir. İstiqlalçı. Niyə? Bu deyir ki, bir yerdə, bir ölkədə istiqlaliyyəti rəsmiyyətə tanırsa bu dövlətlər, bir ölkənin için bitti. Bax, belədir qanunda. Məhkəməyə bir daha istiqlal şey aparırsan, məhkəməyə istiqlal tələb aparırsan. Beynəlməli məhkəməyə mənzurumdur. Orada o məhkəmə, məsələn, bu şəraitə görə qəbul olur. O şəraitdə olan millətlərin hamısı hüquqi cəhətdən istiqlal almağa haqq taparlar. Məhkəmə bucursuz bir şey. Can Şamili. Münayə Salih bəy burada var, təyin edə bilər. Bucursuz bir şeydir. Bir də diqqət edin, bir dəqiqə qoy cümlə qutusun, ondan sonra deyirəm. Qoy cümlə qutusun. Ona görə əsas məsələlərdən ki, Orta Doğuda və bu cür ölkələrdə ki, multietnik var, bir yeri qəbul eləsələr falan, heç yeri qəbul eləməsələr, sübati siyasi orada daha çox olar. Bir yeri qəbul eləsələr, hər yerin sübati siyasi dəyər bir-birinə. Əsas argüman siyasi diplomasi da budur. Buyurun. Ərz edeyim xidmətsə, o zaman ki Rusiya getdi Ukraynada, o iki dana ustandə, dedi bunlar şeydilər, Ruslar əksəriyyəti, referendum eləyək, bunlar mülhəq eləyək özümüzə, ya müstəqil eləyək. Mən orada bir məqalə yazdım ki, bu çox gözəldir bizə, bizim üçün. Məsələn, Türkiyə sabah deyə bilər ki, Azərbaycan əksəriyyəti türkdür, burada referendum eləyək. Qoşulurlar bizə ya yox, şərait deyişlər. Yəni bu bizim beynəlmiləl qanunlar buna yer verir. İndi orada bir dənə ülkü yarandı. O ülkünü əgər dünya qəbul edirsə, məcburdur sabahları mən də desəm ki, məsələn deyirəm, məsələn, Azərbaycanla yığışda 1 milyon imza topladılar ki, biz istiyoruz müstəqil olaq, ya Türkiyəyə qoşulaq. Məsələn,
Bunu göndərdilər Türkiyəyə. Türkiyə dedi, mən bunu aparıram şeyə. Sazman millərə, hər yerə. Bura şeydir, mən burada istəyirəm referendum olsun. Bu millət belə bir şey istəyir. Referendum da dünyada çox yerdə olubdur. Məsələn, şeydə olubdur, Bəhrində olubdur, İrandan ayrılanda və çox yerdə referendum olubdur, insanlar da ayrılıblar, müstəqil olublar. Savaşa da ehtiyacı yoxdur. Yasal qanunda yox idi. Baxın, siz yasal zəminə işarə edirsiniz. Hətta yasal məsələsi də yox idi. Amma millətlər istədi. İndi Rusiyada o işi gördü. Bizim qulağımızın dibində. Bizə də bir dənə zəmin yarandı, hukuki olaraq. Onu fəqət istədim ərz edəyəm ki... Qoyun, mən də təfsirimi deyim də. Buyurun. Mən təfsirimi deməsəm, sizin sözü təkmil olmaz. Buyurun. Yəni, eşidən bilər iki yönü də var. Baxın, əvvəla Ukrayna savaşı sərnəveşdi. Ukrayna nəyə gəldi savaşa? Dedi ki, sizin haqqınız yoxdur ki, NATO'ya üz olasınız. NATO'ya üz olasınız. Yox. Donsk'in üstündeydi, sonra NATO geldi, NATO yazısı sonra geldi. Yox, yəni əsli məsələ Ukraynanın özüdür. Yəni, bunlar, yəni o, baxın, əvvələn bir daha imperializm dövlətdən danışır. Rus və yəni atomi gücü olan bir dövlətdən danışır Rusiya. Bunu Türkiyə nəzarətlə heç bir dövlətlə qiyas eləmək lazımdır. Rusiyanın tarixinə də get bax orada. Ondan heç şəxslə müqayisə olmaq lazımdır. O özəl bir durumdur. Amma indi Rusiya girdik Ukrayna girdi ki, sənin haqqı yoxdur, NATO'ya üz olasan. Baxın, eyni halda Suedlə Finland eyni halda girdilər NATO'ya. Yəni, iki daha NATO'nun yüzü çoxaldı və indi də Zelenski deyir ki, savaş bitəndən sonra biz deyir, savaşmayaq da, girmədi, dedik, girmərik. İndiki savaşmışıq, savaş bitmə həmin girəcəklər NATO'ya və NATO da o saatı gözləyir. Dedilər ki, olacaq. Yəni, onun siyasətində 3 tane NATO'ya üzv girəcəkdir ora. Və bu gəlib Ukraynadakı alanmadır, Ukrayna yerində durdu. Yəni, bu günləri bir daha da diqqət edin. Ukraynada tamamı Avropa və Amerika məşğuldur ki, bu Ukraynada uçursun da, yəni Rusiya geri otursun filan. İndi Fərsi Aysi savaşı çöydür da, yəni istədiyinə çata bilmədi. Və hətta bir dövlət yerinə iki dövlət üzv oldu, o üçüncü dövlətdə gözləyir. Və Ukraynada qazanmayınca, baxın, burasına diqqət edin. Əgər Rusiyada, Ukraynada utuzursa savaşı, bizim xalqların daha çox azadlığına səbəb olacaqdır. Yəni, indi Gürcüstan, Azərbaycan, Ermənistan, hamısı, bu balaca şəkil ölkələr, hamısı arzudadırlar ki, Rusiya orada tutsun. Onlar Rusiya orada tutsa, bu məmləkətlər Rusiyanın məntəqi nüfuzundan azad olub istədiyi ölkələrlə əlaqə qura biləcəklər. Diqqət edirsiniz. Siz yəni burada elə bir şey danışdınız ki, əmələn, yəni əgər deyirsiniz Rusiya filan, əmələn onda Azərbaycan əleyhinə danışdınız. Əgər diqqətli olmasanız, yəni Cumhuriyyətin əleyhinə məqsud. Ona görə indi Azərbaycanda siz baxın, gedin təqib edin bəhsləri. Azərbaycan da hamısı balaca ölkələr Rusiyanın əsarətindən qurtarma şərti var. Əgər Rusiya, Ukraynada uçursa. Ona görə bizim arzumuz oranın utuzmasıdır. O qazanması, Rusiyanın qazanması yoxdur. Rusiyanın utuzması bu savaşda. O başqa bir şey. Amma mənim sorum çox sadədir. Bilmirəm niyə siz də rahat başqa... Siyasətdə sadə bir şey yoxdur. Siyasətdə sadə bir şeyimiz yoxdur. Yox, məsələn, heç sadə sadə yoxdur. Mənim sualım budur ki, qonşu ölkələr, deyəcəksiniz qonşu ölkələr Pakistandır, Hindistandır, Rusiyadır, Azərbaycandır, Ermənistandır, Türkiyədir, Ərəb məmləkətlərdir. Məsələn, bunların hərəsinin mövzei nə olar Azərbaycan istiqlalına görə? Bunu analiz edəcəksiniz. Dünyanın bir-birinə vurmağa ehtiyacımız yoxdur. Ondan sonra da əvvəl qüdrətlər neynərlər, Fransa neynər, Alman neynər, Rusiya neynər. Siz bilirsiniz niyə sualı sadə mətrə eləmək istəyirsiniz? Niyə? Qəşəng bilirsiniz. Çünki sadə sualın cavabında sizə mənfəət qazanarsınız. Yəni, onlar müxalifdirlər gedər istiqlala. Amma həqiqət yaşam sadə deyil. Diqqət elə, biləsən. Həqiqətdən nə yaşam sadədir, nə siyasət sadədir. Bizim bu günlər, bu burada əlimizdəki qələmi qoyuruq yerə, bunun etkisini dünyanın o tərəfində siz biraz da kuantum fizikindən oxusaz daha yaxşı olur. Kuantum fiziki ilə biraz da siyasətə müdaxilə verirsəz, onda bu sadə suallar heç vaxt soğuşmazsınız. Heç vaxt soğuşmazsınız. Və yəni sadə suallarla mürəkkəb bir cavaba heç zaman yetişmək olmaz. Cavabı Şamili, baxın, sual çox sadədir. Nədir? Deyir ki, ölkə bölgələri
analiz edəcəksən Azərbaycanın istiqlalına görə. Yəni cənabınız əvəzin ki bunları deyəsiniz. Mənə deyəcək ki, Hindistan bu mövzuya götürər, Ermənistan bu mövzuya götürər, Azərbaycan bunu, Türkiye'də bunu, Amerikada bunu, Fransada bunu. Baxın, sizdən müşəxəs sual yeri analiz eləmək istəyirəm. Vəziyyəti. Mən dedim, ora cavab verdim. Mən ora cavab verdim sizə o sual. İndi yadınızdan çıxmıyor. Vermədi. Baxın, mən dedim ki, tamam ölkələr başqa ölkənin, məsələn, güclü ölkəni qonşularının ya başqa ölkələrin özündən güclü istəməzlər. Bu siyasətin, çünki siyasətdə mənfəət məsələsidir. Mənfəət də nə cür əldə olunur? Güclə. Yəni, hər dövlətin gücü çox deyil, o daha çox mənfəət qazana bilər. Ona görə heç dövlət başqa dövlətin güclənməsini istəməz, zəifləməsini istər. Amma bu zəifləməsini istəmə, bu deyil ki, gedək o məmləkəti dağırda. Oradan ayrılsa bizim mənfəətimizədir. Onu desə, məsələn, deyək, Pakistan desə ki, gedək, məsələn, Güney Azərbaycandan himayət edək, oradan İrandan ayrılsın. İran da deyəcək ki, gedək Bangladeşə deyək ki, Pakistandan ayrılsın, məsələn. Onda, yəni, onda dünya dəyər bir-birinə. Elə ona görə bu torpaq bütövlüyü ilkəsi gəlib yazılıb ki, devlətlər ayaqların dəng tutsunlar, yoxsa özləri əsədini görərlər. Tamam. İranın coğrafiyasına baxanda, burada oturmuşsunuz indi evdə, buradan baxırsınız İranın coğrafiyasına. Nə görürsünüz? Nə görürəm? Bir dənə pişik görürəm ki, başı yazıqdır. Başına bəla gəlmiş bir durumdadır orada, Azərbaycan. Necə yəni? Nə görürəm? Elə fəqət bunu görürsünüz. Yox, yəni, bir dənə pişik görürsünüz. İrana buradan baxanda hərzalı görmək olan necə yəni? Mənə Yəni, sualınız biraz genel sualdır. Mən gərək kəşf edəyəm ki, nəyə cavab verəm, seçəm ki, hansı bölümünə cavab verəm. Yəni, sualı biraz dəqiqləşdirsəniz, siz də bəlli olar nə deyil, soruşmaq istəyirsiniz, mən də bilirəm ki, nəyə cavab. Siz ideolojik olaraq, buradan baxanda onu nə görürsünüz? Tarki olaraq, yəni, təbii ki, mən sizdən soruşa bilən iqtisadda nə görürsünüz? Amma onu da soruşa yəni, siyasi devlətə, yəni, siyasi iqtidara baxdığımda nə görürəm? Oradan evinizdən oturmuşsunuz, ora baxanda İran zehninizə gələndə nə gəlir zehninizə? Zehninizə gələn nədir? İrana dedik, indi hə, yaxşı, tamam. Oradan məsələ gələr zehninizə. 20 dönüm, 50 dönüm. Qulaqsın, hə, düzdür, kamilən düzdür. Qoyun bunu da deyim onda. Mən çox şeylər deyə bilərəm orada. Baxın, amma bizim gözlüyümüz var da, sizin gözlüyünüz var, mənim də varımdır. Sizin gözlüyünüz nasyonalisti gözlükdür, mənimki sosial-demokratik gözlükdür. Bunun için... Dəyişdirir. O bilirsən nə oldu? O oldu daha aşığı nasyonalizm. Ərz olsun ki, bu gözlük, ideolojik gözlük bizdə vardır, hamımızda, hər siyasi insanda vardır. O pəncərə təyin edir ki, yəni, haranı görək, haranı görməyək. Mən istəyirəm ki, məsələn, İranı gördüyümdə, mənim sözüm budur. Mənim sözümdən, mənim danışdığımdan, təhlilimdən, analizimdən, mənə qulaq asan insanlar ki, fikirəm, yəni, istəyirəm ki, Türk insanları mənə qulaq asın, daha hər zatdan qabaq. Ondan sonra ayrılanda əlbəttə istəyirəm qulaq asın mənə. Amma daha çox öz xalqımı istəyirəm qulaq asınlar. Mənim sözlərimdən həqiqətə, reallara, rasyonal düşüncəyə dayanaraq düzgün anlayış əldə etsin. Yəni, şüar verməyim, ehsasata qapsanmayım, çox negativ olmayım, qorxutmayım, qaçıtmayım, diskitməyim. Elə bir söz deyim, onun canına yazsın. Baxın, yenə də mənim sualıma cavab vermirsiniz. Yəni, hər şeydən danışır. Sizin sualınızın cavabıdır, sizin xəbəriniz yox. Əslində cavab deyil. Mən istəyənizə soruşuram ki, ağa, buradan baxanda İrana nə görürsünüz? İrana baxanda, zülmü görürsünüz, xoşbəxtlik görürsünüz. Bunlar deyil. Mənə ki, hər şeydən danışırsınız, illa cavab. İran, tamam, məni bağışlayın. Burada biraz həqli ola bilərsin. Ərz olsun ki, İrana baxanda əlbəttə ki, uzaqdan baxdığımızda bir ölkə görürük ki, orada həqiqətən zülmlə bərqərar olmuş bir durumdadır və həqiqətən bizim vəziyyətimizə, bizim xalqımıza baxanda zülm hər kəs olur orada. Bizim xalqımıza iki qat zülm durumundadır. Yəni, bizim ora, yəni, bir mücadilə, bir demokratik mücadilə var orada gedir. Amma bizim mücadiləmiz xalqımızın özəl durumuna görə bir milli mücadilədir. Fikir eləyirik ki, əgər o demokrasiya çatmaq istəyirsə orada, yəni bir məmləkət demokratik quruş olmaq lazımdır. Yolumuz bizim ora getməyə əvvəl milli azadlıq mücadiləsi və sonrası onu bərqərar, o demokrasiyini bərqərar etmə. O zülmün qarşısında bura getməliyik. Biz indi bu işlə
Nə bilim 40 ildir, 50 ildir. Qorxuram bu il sayını çoxam, hər kəs bilsin ki, yaşım çoxdur. Ona görə 40 ildir. Arz edeyim xidmətinizə ki, bir dənə mən içəridə olanda zülmü müzaəfi işlədirdim. Sonra ki, çıxdım eşiyə, dedim ki, bu zülmü müzaəfi nə ilə ölçülük deyirik müzaəf və nə qədər müzaəf? Acaba bir qat müzaəf, 2 qat müzaəf, 100 qat müzaəf? Məsələn, mən baxanda siz neçə qat müzaəf görürsünüz zülmü? Yox, baxın, qat baxımından, yəni ikidir, amma o ikincinin içində, məsələn, deyək ki, zülmü müzaəfin, yəni birinci istibdaddır, ikinci istimari müzaəf. İstimarın içində siyasi zülmü var, iqtisadi zülmü var, kültürel, dil, ədəbiyyat zülmü var. Niyə bir qat deyirik onda? Deyək ki, məsələn, 100 qat. Niyə deyəmirik 100 qat çoxdur, deyirik ki, bir qat çoxdur? Yox, yəni biz, yəni bilimsel yanaşmada və xalqımızı istəyirək birinə danışaq, sözü uzatmadan bir daha bəzən bir cümlə deyirsən, məsələn, ırqıçılıq deyirsən, amma bu ırqıçılığı bir nəvər bilimsel baxarsa, bu ırqıçılığın tərifinə nə yerləşir? Qadınlar bundan nə zülm çəkirlər, uşaqlar nə zülm çəkirlər, böyüklər nə zülm çəkirlər, iqtisadi sahədə nə zülm olurlar, siyasi sahədə nə necaətpərəstlik, ırqıçılıqda olur. Onların bir kəlməni deyirsən, amma bir kitab söz danışırsan. Qoy bir dənə misal vurun. Bəlkə mənim zehnim şey olsun. O zülmü müzaəfi istəyirəm ha. Bu müzaəfdə mənim çox belə müşkülüm var. Biri budur. Bir dənə türk xanım xanımlıqda Tehranlılarla zəifdədir. Yəni zülm altındadır. Burada deyək elə %100 ikisi də birdir. Amma bunun dil haqqı da yoxdur. Burada 200'ə çıxdı. Bunun məsələn deyək ki, coğrafi haqqı da yoxdur. Məsələn, vətən haqqı. Yəni bu Azərbaycanlı hesab olmur da, İranlı hesab olur. Məsələn. Və məsələn bunun filan haqqı da yoxdur, bəhman haqqı yoxdur. Yəni o haqqı ki, Tehranda xanımların varlarıdır, bunun yoxdur. Hər neçə ki yoxdur, o qədər bu izafi zülmüdədir. Yəni biz niyə deyirik 2 qat? Niyə deyirik ki, yüzlər qat zülmüdədir? Siyasi haqqı yoxdur, hüquqi haqqı yoxdur. Məsələn, dil haqqı yoxdur, amuziş haqqı yoxdur. Və. Yox, orada haqlısınız, amma bir dənə orada məsələ vardı. Sizin, yəni istəyirsiniz toplum ağah olsun da, elə də maarifləşdirmədən istəyirsiniz. Siz bu məsələləri, dilizi, formunuzu kategorizə eləməlisiniz ki, qısa formada böyük söz, yəni geniş sözlər deyə bilərsiniz. Yoxsa, məsələn, mümkündürsə deyələrsiniz, 5 dəqiqə vaxtınız var, burağı sayınca bitər, amma bir kəlmə desəz daxili istimar, o da bizdə daxili istimar nədir? Sən sözünü yetirmirsən. Sən məcbursan özünü, yəni dilini, sözünü organizə edəsən ki, qısa zamanda geniş söz deyəsən, çox söz deyəsən. Məsələn, müzaəfin yerinə deyək 100 qat. Məsələn, nə idi adı var? O, həm izləyicilərə İkinci dəlil deyim sənə. İkinci dəlil deyim. Siz gedərsiniz bir daha məsələn bir insanı, türk insanı Tehranda tapasınız ki, bu milli maarifləşməsi yoxdur. İstəyirsiniz onu ağır eləyəsiniz. Ona deyəsiniz ki, qardaşım, ya bacım, sənə 100 qat zülm olur. Ya da deyəsiniz ki, qardaşım, xəbərin var, ya bacım, xəbərin var ki, sən təhqir o zülm altındasan. Bunun hansısın daha rahat cəzb edəcəksən? 100 qat zülm olursan, qulaq, desən 100 qat zülm olursan, o düşünəcək 100 qat. Amma desən sənə zülm olur. Sənə 100 qat Fars xanımından çox zülm olur, daha rahat düşünər. Çünki onda deyək doğru deyil, baba adam. Yox, o doğru demə. Onda sənə deyəcək o 100-dən adın çək. Amma desən 100-dən, ona sən mümkün də otobusdasan, vaxtın yoxdur, ondan bir dəqiqə vaxtın var. Deyəcəksən zülm olur sənə, o deyəcək, o səndən soruşacaq, nə zülmü? Sənə 100'ü başlayacaqsan. Müzaəf gərək müzaəfə oturasın, tozih verəsən ki, müzaəf yan nə mənə. Həm ərəbcədir, həm mən bilmirəm. Yox, 2 qat denə, türkçədə desən 2 qat. 100 qatından 2 qatın bir gözəl şeyi var. Yox, 100 qat desən qorxudacaqsan, ya da bu 100 nəymiş baba? Hər halda o da siz olacaq deyin, amma mən sadə formu tapım desək yaxşı olar. İranın coğrafiyasına baxanda daha nələr görürsünüz? Yəni, bu sahədən məncə ki, indi biz bunu danışdıq. Əgərsə qəsd-ü qərəz buna izah etməkdir, gərəkli deyil çox daha, yəni ki, o mövzuya. Aha, İranda baxanda bizim durumumuz əlbəttə ayrı məsələdir. Bu bizlə Türkiyə, Azərbaycan əlaqələri də bir söz konusudur İranı görəndə. Mən biraz narahat olurum.
Bu yani bizim Lütfen bir de buyurun, bir bir de buyurun. Havasım çekti. Bir de buyurun. bu bizim İran məsələsi siyasi coğrafiyasına baxanda və Azərbaycanın öz Azərbaycanımızın durumuna baxanda Azərbaycan və Türkiyədən biraz narahat oluram ki, laqeyd qalmışlar bizim sərnöviştimizə. 100 il laqeyd qalmışlar bizim sərnöviştimizə. Bizim padişahlarımız, yəni qurucu babalarımız 1000 il tarixdə minə ötürək son məsələn 250-300 ildə yəni milli kimliklərinə laqeyd qaldılar, bizi bu fəlakətə saldılar, amma qonşu dövlətlərimiz bu məsələdən ağahdırlar. Əvvəl su Türkiyə ki, yəni əsən milli dövlət qurmuş orada, dəqiqən bunları kəlmə-kəlmə bilir və o üçün böyük bir dövlətdir. Dəqiqən də bizim vəziyyətimizdən İrandan xəbərdardır. Yəni dəqiqən, cüziyyat, hətta bizim kətlərimizdə, kətlərimiz, şəhərlərimiz, sayımız falan, hər zadı bilirlər, hər zat. Amma 100 illa qeyd qalmaları nə deməkdir, qardaş? Yəni Tamam. İran coğrafiyasına baxanda bu dövlət, İranın dövlətini necə görürsünüz? Necə təhlil edirsiniz? İranın dövləti, bugünkü İranın dövləti tarixin ən geriyə qalmış model dövlətidir. Yəni dini dövlət. İdeolojik dövlət yox, hatta ideolojik dövlətin ən geriyə qalmış modelidir. Yine məsələn, deyək ki, Stalincil ideolojik dövlət qurdular. Yəni, amma mesela Stalin, indi baxanda fərz edək, teknoloji sahəsində Rusiya o zaman, Stalin dövründə də mesela Rusya'da çok büyük gelişmeler yani. Çok büyük yani gelişmeler. Teknolojik sahada, insani sahada zülm, öldürme, can filan. Ama bunlara bak. Şeyden ben Molla Ömer'in şeyini soruşurdum. Bir daha musahibesine kulak asıldım. Soruşurdu ki siz ve Afganistan'a yani teknoloji filan, elmi, bilim getirmeyeceksiniz. Dedi bizim elm ve teknolojiyle ne işimiz var? Molla Ömer'e dedi biz buraya İslam getirmemiz lazım. Şimdi böyle bir geriye kalmış hakimiyyətlə. Ondan sonra da həqiqətən indi İranda belə ki, gəlibdi, görürsünüz də İran içində müxalifət, özlərinin içində, yəni cəngi qüdrətlər, savaş aralığında çox ciddidir. Ki, indi yavaş-yavaş Əhmədinəcad da gəldi, özün eləyib, kandili falan. İndi bunlar arasında nə olacaq? Ümid edirəm çatışma çoxalsın və gərginlik için atsın, topluma yayılsın və toplumda bir etiraz meydana gəlsin. Amma o göstərir ki, yəni bugün hətta özləri də dağılmaqda və indi bir oligarşinin, yəni bir seri insanların, deyək məsələn, o zaman Faslar deyirlər Hezar xanəvadə, yəni 1000 ailənin adı, 1000 deyirlər, bunlar heç 1000 zat deyirlər, bunlar bəlkə 100-150 ailədirlər, bir-birindən əlaqədə filan bu hakimiyyəti ayaqda saxlamağa çalışırlar. 300 ailədir, aləmi dedik 1-300 ailədir. 300? Aləmi dedik də. Bəli, deyirəm, elə o cür. Dəqiqən o cür bir modeldə. Ona görə bu həqiqətən oligarşının, yəni dini oligarşının hakimiyyəti, yəni ən gerici və ən baskıcı bir modelle hakimiyyət, İran hakimiyyətini tanımaq olar indi. Amma mən bu gün bir daha təhlil yaydım. İran rejiminin şəraitə baxdığımızda İran rejimi gedir ki, yəni atomi silahı sahibi olsun və heç kəsə reaksiya verməsin. Bu gün bunun təhlilini yaydım. Farsça danışmışam orada. Çünki istərməm o başqa toplumlarda eşitsinlər filan. Yəni durum İranda bu çox pis olacaqdır. Yəni əgərsə bunlar, yəni nə Amerikanın iradəsi görsənir, reaksiya versin İran İslam Cumhuriyyətinin qarşısında, nə İsrailin üçün Amerika Ukraynada məşğuldur, İsrail Qəzzədə məşğuldur. Kəsəm yəni şey oldular, yəni sarsıldılar. Yəni indi İsrailin ordusuna 3-4 il vaxt lazım ki, istirahət eləsin ki, bu orada özünü toplaya bilsin, mental da özünü toplaya bilsin, reaksiya versin. Amerika da həm Qəzzədə və həm orada yəni məşğuldur. Əmələn yəni İran ən böyük fürsət tapıb ki, yəni atomi silahın əldə etməsinə iş görsün və mən fikir edirəm ki, heç kəs müqavimət etməyəcəkdir və bu belə bir iş görəcək və o cür olursa xarici müdaxilə İranda kəsilir və böyük bir daha fəlakət İranda yaranır. Çox böyük fəlakət. Yəni nə qədər və nə türlü baskını İranda emal edirsə etsinlər, xarici dövlətlər orada müdaxilə, əgər silah, yəni atomi silah olursa, xarici dövlətin müdaxilələrinin qarşısı alına bilər. Çox böyük bir fəlakətlə qarşı-qarşıya dura bilər. Bəli. Fars dilli insanlara necə baxırsınız? Fars dilli insanlara səndən özüm kimi baxıram. İnsan. Mənə necə baxırsınız? Sən elə gözəl oğlansan. Sağ olun, var olun.
Farsları necə görürsünüz? Yəni onlar nə tür bir insanlar, toplum falan görürsünüz? Biz teorikən xalqları xalqlar görürük. İslam Cumhuriyeti'nin baxmayaraq ki onun yəni bafti etnikisi Fars yəni devlətçiliyi, etniki cəhətdən Fars etniki dövlətidir, amma Farsların seçdiyi bir dövlət deyildir. Biz də görürük ki, indi Fars toplumu da onunla mücadilədə və savaş və can vermədədir. Amma bir daha şeyə diqqət mərkəzinə almalıyıq. Geçən 100 ildə Fars devlətçiliyi deyirik, adı Fars devlətçiliyi. İndi istibdadi devlətçilik nə? Amma çox güclücə Fars nasyonalizmin təqviyyət eləməklə Fars devlətçiliyinin ayaq üstə durmasını yəni garanti kimi verib yəni cəmaətin zehniyyətinə. Çox yəni tanınmış bir fenomendir. Biz Fars xalqını bu sahədə özümüzün qarşımızda görə bilmərik. Bu zehniyyət qarşımızdadır bizim. Zehniyyətlə də zehniyyətlə bərxord. Yəni fikrinlə də fikri bərxordular. Fikrinlə fiziki bərxord olmaz. İran rejimi bizim xalqla fiziki bərxorddadır. Baskı altındadır bizim xalqımız. Seytərə altındadır. Ondan da yəni fiziki ondan rəftar lazımdır ki, o yəni eləyə biləsən bəsarəti. Yəni vurub, sındırıb, yəni yıxmalısan ki, eləyə bilsən onun üstündən keçəsən və azadlığa yetişəsən. Amma Fars xalqında ya hər bir xalqında bir zehniyyət var, yəni fikir var, o fikirlə biz müqabilə edirik. Yəni indi burada bir daha gözəl yerə gəldik, yetişdik. Bir şovinisti ya ifrati nasyonalizm var deyə təbliğ olubdur. Amma demək olmaz ki, hər kəs bunu şey. Fars xalqının ən böyük bölümü uşaqlardılar. Yəni uşaqların içərisində bizim yəni uşaqlarla nə ziddiyyətimiz ola bilər. Ya yaşlılar var, ya məsələn qadınlar var. Kəsən bu işlə, ya ki məsələn işçilər, yəni əkinçilər falan. Yəni bu məsələn Fars toplumunun siyasi kəsimi ilə bizim işimiz var. Orayla mücadilə fikri falan meyman da orayladır. Bir də bizim əsli təzadla fiziki bərxordumuz var. Düşməncə ondan danışır. O da İran İslam Cumhuriyyətidir. Başqa məsələlərlə sivilcə davranmalıyıq. Yəni başqa indi burada Fars toplumunun siyasi hərəkətlərindən də siyasi təşkilatlarından bunlara danışırıq. Orada onlarla da indi biz fikri mücadilə edirik. Onlar ifrati nasyonalizmi təbliğ edilər. Biz isə onun padizəhri nədir deyə onu vurmalıyıq. Elə buna gəldiyimizdə indi bir dənə söz meydana gəlir, bir sual meydana gəlir. Əcəba bu aşırı nasyonalizmi ki var İranda məsələn mərkəzlər təbliğ edirlər. Onun qarşısında aşırı nasyonalizm və ya hətta nasyonalizm qoysaq biz daha çox xalqı biz özümüzə tərəf cəlb edə bilərik. Ya yox, demokratik bir düşüncəni beynimizdə meyar tutsaq eləyə bilər xalqımızı cəlb edək. Yəni demokrasi əyarları ya demokratik düşüncəni padizəhri kimi yəni nasyonalist ideolojinin qarşısında istifadə eləsək, xalqı daha çox cəzb edə bilərik, maraqlı olarıq, cəzzab olarıq. Yəni baxın, cəzzab olmalıyıq ki, eləyə bilsin, xalqımıza gəlsin. Ya yox, elə olan nasyonalist olmalıyıq. Biz də şeylərdən söyləyin, keçən padişahlarımızdan, onlar necə kuruşu öldürdülər, daşını götürdülər, soxdular, məsələn, qazana, ya məsələn, bizim padişahlarımızı necə kəsərdirlər, asardılar filan. Belə eləsək eləyə bilər qazanaq. Məncə, bizim hizbin teorisində demokratik dəyərlərlə nasyonalizmlə qarşılaşmalıyıq. Bizim ələlxüsus bizim xalqımız ki, beyni də, yəni öyrətimi də fars dilindən olmuşdu. Sənin öyrətimi fars dilindən oldu, sən yəni ora girayış tapırsan. Yəni, məyərin ki, bilib oradan özün qutarmışım da bizimkilər kimi də qutarmışsan ki, yəni müstəqil fikir sahibi olmuşsan. Ona görə biz fikiririk ki, ideolojik cəhətdən o dil iki istifadə edirik, demokratik dil və demokratik dəyərlərə o nasyonalizm, şovinizmin qarşısında istifadə etsək, daha çox zəmin qazanarıq. Həm öz xalqımızın yanında, həm başqa xalqların yanında. Yəni, sempati qazanarıq. O vasitələ daha çox görünə bilərik. Təşəkkür. İndi sizin mən Tehran haqqında, Kərəc haqqında, bu yerlərdə, türklərdə biraz əksəriyyət nisbidədirlər, onları bilirəm. Amma bir də onu soruşum sizdən, Cənab Usta. Tehranda türklər, farslar var. Oranın vəziyyəti, Oratay yerlərin vəziyyəti. Məsələn, deyək ki, Şirazda Qəşqayilər var, Üstanı Farsda, Şirazda yox. Şirazın özü də bilirsə, 57 inqilabında o inqilab Qəşqayilər edədilər. Əsl şəhəri Qəşqayilər edəcəklər.
Yəni bu günlərdə o Şirazda istəyə bir hərəkət olan Qəşqailərin tərəfindən gözlənilir. Yəni Siz necə yəni Şirazın kontrolunu Qəşqailər əllərinə almışdılar. bəli, 57-də 56-57-də inqilab oldu. Onda Qəşqailər Şirazda müsəllət idilər. Kollə o şeylər Qəşqailər. Müsəlləh bəli. Müsəlləh bəli. Baxın, bizim düşüncəmizdə Yox, Tehranla sorumu soruşum. Sorun budur. Siz, mən bilirəm ki, siz Tehranda iki sistem düşünürsünüz da, yəni iki dilli bir sistem düşünürsünüz. Bunu bir balaca tozih verin ki, dostlarımızın biri də soruşmuşdu ki, Tehranda sizin düşüncəniz Tehranda nədir? Ona görə bunu soruşuram ki, buradan oturub indi baxırsınız Tehrana, Tehranın gələcəyini necə görürsünüz? Baxın, Tehranda əlbəttə bizim hərəkatımız baxın, Azərbaycanla Tehran türklərin güclənməsi bir-birinə çox geniş vasitədə etki altına alacaqlar. Yəni alarlar. Çox. Yəni Azərbaycan gücləndikcə türklər qurur. Yəni bilirsən də bizim İranda türklərin assimilyasyon qururunu öldürüb da. Qururunu öldürüb xüsusi, yəni bu ölümcül hala düşür. Qurur getdikcə ona meydana, yəni həyəcan və meydana çıxar. Bu Azərbaycanda güc əldə olduqca Tehran şərəf türklərindən həyəcan və qurur gerilir, meydana çıxmaq şəraiti və əks də. Yəni buradan da ora dəstək. Amma Azərbaycan o bəllidir, bir əyalətdə orada bir hakimiyyət istər-istəməz qurulacaqdır, o bəllidir. Onun motor hərəkəti türk hərəkətidir. Amma onu danışmışıq. Amma Tehrana gəldiyimizdə, baxın, Tehran həqiqətdə məsələn farslar, türklərin bir arada olmaları, bunların da dinləri də bir deyil. Yəni daha çox evliliklər də idi. Sən Tehranda hər ailəyə girirsən, yarısı türk, yarısı fars. Çox yəni qarışıq. Çünki dində də belə şiəydilər. Heç bir məzuriyyət evlənməkdə hesabda yoxdur. Çox qarışıqdılar. Ona görə orada bir özəl siyasəti meydana qoymalıyıq. Yəni, ora Azərbaycandır deyə farslarda reaksiya diyor, ailələrin içinə girsin, reaksiya gəlsin filan. Bir siyasət götürməliyik ki, reaksiyaya səbəb olmasın. Bəlkə haqq əldə olmağa səbəb olsun. Ona görə bu gün İranda, yəni İran gələcək, İranda federal əyalətlər olacaq da, bölgələr. Məsələn, bu gün bəllidir, Azərbaycan, Bəlücistan. İranda sistem ucuzsudur ki, lazım deyil biz bu günləri, hətta bu federal deyəndə bəziləri deyir ki, milli federal quraq. Milli federal, yəni dilimizin əsasında federal qursun. Ehtiyac yoxdur bu deyilsin. İstər-istəməz bir olacaqdır. Bəlücistanda istər-istəməz əksəriyyət mütləq Bəlüclarla da, Azərbaycanda əksəriyyət mütləq türklərlə də, Kürdistanda əksəriyyət mütləq türklərlə. Orada o dil rəsmiyyəti olacaq. Demək lazım deyil. Həssasiyyət törətmək lazım deyil. İranın yapısı budur. Amma Tehrana gəldiyimizdə bir əyalət olacaq da, Tehranda 15-16 milyon cəmiyyətdir. Hansı əyalətin İranda 15 milyon cəmiyyəti var? Heç bir əyalətdə 15 milyon cəmiyyəti yoxdur. Məsələn, baxanda cəmiyyətdən 5 milyon, 6 milyon, 7 milyon məsələn nəhayət bir cəmiyyət var əyalətlərdə. Amma 15 milyon cəmiyyət var. Ona görə Tehran istər-istəməz idari sistemdə özünə bir sistemi idarə, yəni idarə sistemi lazımdır olsun. Çünki heç yerə qarşı 15 milyon hər yer getsən oranın 2 bərabərdir. Azərbaycanın bu günlər cəmiyyəti nədə cəmiyyət var? Azərbaycan kolluğunda bu neçə ustana bölünür falan, hamısı 10 milyon cəmiyyət var. Orada 15 milyon cəmiyyət var. Yəni ona görə ora reaksiya yaranmasın, bu ailəvi əlaqələr bir-birinə dəyməsin və gözəlcə iş yerinə düşsün deyə elə o əyalət Tehran özü bir ustan kimindir da. Ora elə bir əyalət kimin adını ustan qoy, hər nə mənə qoydu, adını qoydu, amma bir idarə olsun. Amma orada yalnız fars deyil, iki dilli bir yəni əyalət sistemi orada qurulmağı lazımdır. Biz onun tərəfdarıyıq. Sonra da seçim olacaq. Oranın məclisi, Tehranın özünə aid məclis olacaq. Tehranın özünə aid bir necə əyalətlərin vardı, Tehrana da aid uzun bir şey olacaq. Yəni müştərək bir dövlət. Həm türklər, həm filan. Yəni o vasitə ilə biz Tehranda da həm xalqımıza haqq qazanmışıq, həm bir xəsmanə bir durumda olmamışıq. Eyni halda bu xəsman, məncə bu əlaqə, bu düzgün bir münasibət Tehranda eləyə bilər, ümumiyyətdə Tehranın Azərbaycana dəstəyi gəlsin. Yəni Tehran ümumiyyətdə dəstək olsun Azərbaycana. Əgərsə biz türk xalqının haqlarını Tehran kərəzdə eləyə bilər, əldə edir. Bu sistemi məncə elə Tehran əyalətində iki dilli bir sistem qurulmağa tərəfdarıyıq. Bu qədər. Necə ki, hər bir federal dövlət orada da olsun. Ondan sonra da bizim kantonlarımız var da ki, onlar da balaca özlərini idarə eləmə haqları vardır. Amma bir söz deyim, türklərin azınlıq formada yaşamaları da var. Çünki biz onlara danışığımıza danışmırıq.
Amma bu azınlıq mümkündür milyonlar insana təşkil edir. Məsələn, bu Şirvandır, bu Yazdır, bu İsfahandır, bu Şirazdır, bu Məşəddir, bu Bəndərəbbasdır, bu Bəluçistandır, bunlar da ya Kürdistandır. Türklər şəhərlərin içində, cəmiyyətin içində yaşayırlar. Yəni kompakt yaşamırlar. Kompakt yaşadığı belə dedik. O cəmiyyət özü çox mühüm cəmiyyətdir. Sabahlar Cumhurbaşkanlığı seçimində, məclis seçimlərində filanlara, bizim nümayəndələrimizə, seçdiyimiz nümayəndələrə, mərkəzi məclis dövlətinə onların rəy verməlidir. Bax, bu gün nə İran İslam Cumhuriyyətinin məclisində ki, İslamiyyətdən ötürü, Xümeynidə ötürü gedib ora, bu günləri o mənatiqi türkləşinin düzəldiyi fraksiyonu 31% məclisin bu günlərin nümayəndəsi odur. Yəni, o təsadüfi də təsadüfi. Halbuki bizim əgər xalqımız oyanış məsələsi də mümkün deyil. Həqiqətən biz 35-dən 40%-ə məclisdə nümayəndəmiz olsun. Yəni, əgər biz o qədər nümayəndə biz məclisində əldə edə bilək, onun yanında başqa xalqların nümayəndə edək, yəni biz mütləq əksəriyyəti gələcək məclisdə əldə edə bilərik. İnancımız yəni ola ki, biz bu xalqı cəlb edə bilərik ya cəlb edə bilmərik. Cəlb edə bilməsə fəlakət, cəlb edə bilsə elə bir potansiyel var. Doğru. İndi fars dilinə necə baxırsınız? Fars dili necə bir dil görür? Fars dili də, baxın, fars dili də başqa dillər kimi gözəl dillərin biridir. O qədər. Nədir yəni, necə dilə, yəni, dil bəşəriyyətin tarixindən miras qalmış, bəşəriyyət tarixinin mirasının çox önəmli və möcüzəvi faktorlarından biri dil. Mən şəxsən tarixdə bir möcüzə olub deyə düşünürəm. Bir möcüzə. İkinci möcüzə olmayıb. Bu peyğəmbərlər neyiniyiblər, mən bilmirəm addan qopulub, işlərini möcüzə qopulub, mən tanımıram, mən bilmirəm olay nədir. Amma mən bir möcüzə tarixdə tanıyıram. O da dilin ürətimi və dilin meydana gəlməsidir. Dil harada düzəlibdir? Tarixin, qaranlıq tarixin, bəlkə... Onu bilirim. Fars dilinə baxanda, yəni indi yox, qoyum bunu deyim, bu gözəldir. Onu səhvdən bilirik da, dil necə gəlibdir, çox da mühümmüdür. Amma indi oradan oturmuşsunuz, İrana baxanda Fars dilini görürsünüz. O Fars dilini necə görürsünüz? Qoymadınız mən möcüzəni işlətdən cümlədə deyim, bu çox gözəldir. Tamam, bizim dilin əhəmiyyəti üçün gözəldir. Buyurun. Bax, tarixin qaranlıqlarında bizim ata-babalarımız, hər kəs bu dillərin. Ata-babalarımız oturublar özlərinə bir əlaqə, sosial əlaqədə bir dil düzəldir. Adı sonra dil olub da bunun. Əvvəl nəzirdən dil olub axırda adı. Bu dillər 100 min illər keçəndən sonra, biz bilmiyorlar ki, ha zaman, nə zaman, harada, necə düzəlir. 100 min illər keçəndən sonra otururlar onu yazmaqda, görürlər bunlar hamısı qanunməndidir, nəzm üstündədir. Qrammatiki var, hesab kitabı var, bunun vokalları belədir. Türk dilinin yapısı əla, yəni inkişaf üçün əla bir yapısı var Türk dilinin. Bu nə demək, yəni qeyri tarixdə, tarixin qaranlıq yerlərində bir tədad insanlar dil düzəldir ki, nə bilimdən, nə elmidən, heç zat bilmirdilər, amma bir dil düzəldə büyük baxılış görür ki, tamamən qanunmən və möcüzəvi qanunmən dillərdirlər. Bunun adı möcüzədir. İndi başqalarına möcüzələr, mən bilmirəm, mən bu möcüzədən sonra heç bir möcüzə tanımıram. İndi bugün sualınızı verin. Ona görə Fars dili də başqa dillər kimi heç fərq etməz. İndi biz o cür desək, oturaq bu Afrikanın dilləri haqqında danışaq ki, məsələn, balaca dillərdir falan. Məncə, tarixi mənəvi irsiləridir dillər. Hamısı və onların hamısı elə baxmalıyıq. İndi biz İranda hər halda bizim siyasi bir partiyasız da, yəni şey deyirsiniz ki, parti olarak baxanda Fars dilinə deyirsiniz, bu Fars dili ilə Türk dilinin ilgisində nə cür düşünürsünüz bu Fars dilini? Məsələn, o cəhətdən. Fars dilini, siz mənə çəkisiniz pis yollara. Çəkiləcəksiniz. Adamın pis dostu olanda pis yollara çəkərsiniz, otur. Yavaş-yavaş o yoldaşa çevirirsiniz. Yəni, mənim dilimdən çəkməlisiniz. Bu sözləri biz danışmışıq çoxdan belə, bunlar intazı sözlər dəli olar. Amma indi yəni olğun günlərdə, təcrübə aldığı günlərdə çalışır ki, daha çox diplomasi çərçivəsində danışım. Çox önəmlidir. Yəni, dilin ağır, diplomatik ağırlığı, ədəbiyyatın ağırlığı. Ona görə biraz çox ehtiyatlı olmalıyıq məsələdə. Hər halda, bu gün, yəni, bilirəm siz nə istəyirsiniz, ona görə sizin cavabınızı verirəm. Yoxsa ayrı yer olsaydı, bu sözü deməzdim. Amma sizə istəmirəm sizi, qırım. Sağ olun. Fars dili bizim keçən 100 ildə dillərə qarşı bir
əbzar kimi, bir vasitə kimi istifadə olub. Yəni dillərin yerinə oturdublar. Bu fars dilinin günahı deyil. Fars dilindən kullananlar, istifadə edənlərin günahıdır. Fars dilini İranda nə bir vasitə dil kimi ki, deyək tamam bir dili orada başqalarından üstün. Bəlkə dillərin yerinə oturmuş durumda. Yəni başqa dillər məhv, bir dil istifadə edəcək. Və bu siyasət xalqların ciddicə asimil olmasına, dillərinin təhqir, özlərinin təhqir olmasına, dillərinin məhv olmasına filan səbəb olubdur. Bir vasitə kimi istifadə olub. O açıdan der vaqa biz onu siyasət görürük. Siyasət yanlışdır. Fars dili deyil. Siyasət yanlışdır və o dildən ötürülü istifadə olunur ki, biz istirik onu eşit dil. Bizim bir dənə şeyimiz var, sənədimiz var. Demokratik dil siyasətimiz bizim. Demokratik dil siyasətimiz. Demokratik dil siyasətimizdə deyir ki, İranda monopoli dili, yəni İranın mərkəzi dövlətində monopoli dili qırmaq lazım, sındırmaq lazım. O üçün monopol qalırsa, antidemokratik dil siyasəti keçən yüzlərdə o yerində qalacaqdır. Ona görə monopoli dili götürməlidir. Mərkəzi dövlətin ən azı, bizim proqramımızdadır, mərkəzi dövlətin ən azı 2 dil rəsmi dil olmağı lazımdır. O da istər-istəməz türk dili və fars dili olmağı lazımdır. Başqa dillərin də haqqı var, mərkəzi dövlətin dili olsun. Amma onlar, hər bir millətin haqqı var ki, öz dilinin, mərkəzi dilin rəsmi olmaq üçün layihə gətirsin, məclisdə təsvib olsa 3-cü dil olsun. Amma məclisdə 2 dilin rəsmi olmasına məclisdə təsvib lazım deyil. Gərəklidir ki, mərkəzi dövlətin ən azı 2 dil olsun. O 2 dil də istər-istəməz. Cavab Şamili'nin bu fərmayişin, siyasi fərmayişini biraz sadələdi. O güclü dil ki, hakim dil hesab olur, onu gərək sındıraq. Və ta eləyə bilək onun altından o birisi dillər, o birisi millətlərdə çıxa bilsin, çiçəkləyə bilsin. Cavab Şamil belə idi. Yox, elə deyir. Nədirdir? Biz monopol dedik da. Biz istəyirik ki, öyle dedim də, burada indi gəldik, yetişdik o demokratik, yəni dilə, ədəbiyyat, diplomasi dilinə. Orada söz budur. Biz istəyirik ki, dillərin haqqı bərabər bölünsün deyə bu siyasəti götürmüşük. Sındırmaq. Monopol dilin hegemonunu sındırmaq nə deməkdir? Yəni dedim daha, sizin diliniz dedik nasyonalisti dildir, mənim dilim demokratik dildir. Yəni birinə deyirsən ki, oti, birinə deyirsən əyləş. Birinə deyirsən otur, birinə deyirsən əyləş. Mən cənabınıza ərz eləsəm, siz mühafizəkarsız. O nə olar məsələ? Niyə gərək bu dildən? Gözəl söz deyirsən, onun adı mühafizəkarlıq deyil, onun adı modern diplomasının dilidir adı. Yox. Ki, hər kəs rayət edilmək lazım. Sözləri, mənim müxatəblərim məsələn. Yəni birini incitmədən, birinin ürəyinə dəymədən, birində reaksiya icad etmədən eşit haqlarının haqqında danışır. Elə ki, mən cənabınıza ərəbcə söz deyirəm, söyüş verirəm. Siz deyirsiniz ki, Quran oxuyur bu. Yox, o deyir ki, siz İngilizcə deyir ki, monopolun yıxmaq üçün, onun monopolu, hegemonisini yıxmaq üçün gərək bunu belə deyir. Tamam, həmanın sözü Türkçəsi. Yıxmaq sözü deyil, monopolu aradan öparmaq üçün dedik. Yıxmaq sözü, sındırmaq, baxın, yıxmaq sözü, sındırmaq sözü, qırmaq sözü, bunların hamısı siz işlətdiniz. Mən dedim, bərabər eşit haqları üçün bu iş görmək lazımdır. O kəlmələrdən, yəni o sözlərdən, o ədəbiyyat hələ biraz gülürük, amma həqiqət budur ki, ədəbiyyat birin qaçırdar, birin özünə tərəf seçər. Bunu inanırsınız buna. Siz birinə desəz otur, birinə desəz əyləş. Fərqi yoxdur. Fərqi var, amma İngiliscə desəz sit down, o birisine de desen ki idlis, o birisine de desen otur, heç birisini başlatmayacaq ki, nə dediniz. Çünki üçündən də o mesela ne anlayacaq, mesela o ayrı bir dil. Siz monopol deyəndə, hegemoni deyəndə insan başlamır nə deyirsiniz? Yox, Edər bəy, söz apardınız biraz dolandırdınız. Mən çox ocusu var edərəm o piçidə şey. Baxın, mən sizdən bir sual soruşuram. Yumuşaq dil təsir edicidir, ya kəskin? Mən mütməyinnəm ki, siz yumuşaq dil tərəfdarısınız. Amma sizin ideolojiniz bəzən izni vermir ona. Şəxsən, şəxsiyyətiz
yumuşaqdır, şəxsiyyətiniz Mən otursundur. özüm də İdeolojiniz, sizin Amma o ideolojiniz məxluq ama yok bakın şəxsiyyəti mənim tanıdığıma göre siz yumuşaq bir insansınız. Çok mühüm şeydir bu. Ama diliz ideolojik dil olur. Yani o bir yani sındır, kəs, az. Düşmənləri neyniyək? Nə cür öldürəcək? 50 milyon ölsün. Filan. Mənim beynim Anlatabilirlər nə demək istəyirəm? Anlatabilirlər nə demək istəyirəm? Bəli, kamilən anlıyorum. Yəni demədim ki, yox. Amma mən dedim ki, o politik dil işlədirdiniz, onu mən tərcümə edirdim sadəcə. Sizin tərcümənizdir, mənim yox. Arz elədim ki, mən tərcümə elədim daha onu. Yəni onu tamam. Bakın Hidayət bəy, saat 20:19'dur. Saata baxmayın, sizi saxlayacağım bu günləri yat belə 4 saatı dolduracağım. Yəni əsl saatda baxmayın. Mənə oradan baxırsınız saata görürəm. Stres gətirirsiniz mənə, gətirməyin. Baxmayın saata. Arz edeyim ki, Fars dili Türklərin ya da Azərbaycanlı gələcəyində nə yeri ola bilər sizin partiyonuzda? Bir dəfə deyin sualı. Fars dilinin Azərbaycanın və Türklərin gələcəyində hangi yeri ola bilər sizcə? Gələcəkdə. Fars dilinin gələcəkdə Azərbaycanda nə yeri ola bilər? Türklərin içində ya Azərbaycanda? Türklərin içində. Baxın, bir zaman mən Quebecdə gedən hadisələri araşdırmışdım. Sonra bir dana, yəni fevralın 21'ində bir seminer qoymuşdular. Mənə də danışmaq orada fürsət vermişdilər. Orada Quebecdə dil siyasətini ələ almışdım. Və demişdim ki, Quebecdə devlət qurulanda bir devr İngilisi dilini üçün Fransa dili məhv olmaq halındaydı da, yəni öyrənmədi. Bir devri İngilis dilini ta Fransa dili yerinə düşmüb, xarici dilləri ki, qədərləmişdilər, başqa dillər. İngilis dilində bir uzun zaman qədərləmişdilər ki, istifadəsini ki, ədəbiyyat, Fransa ədəbiyyat yerinə düşsün, ondan sonra bir sıradan sonra yavaş-yavaş başqa dillərin istifadəsini azad elədilər. Devlət, yəni Quebec devləti azad elədi ki, tamam, indən sonra eləyə bilər dillər hamısı şey olsun. Mən bu siyasəti ələ almışdım orada. Elə mən hər zaman kimi federalist idim orada da. Sonra bizim bu çox aşırı ad çəkməyəcəm, qorxum, sizin qorxunuzdan ad çəkməyəcəm. Mənə orada salonda dedi ki, elə əxirən bəhsimiz olub bu dostumuzla. Mənə çağırıb dedi ki, filanə, sən bizdən də radikal oldun. Belə başın tərbədə. Bizdən də radikal oldun. Dedim, yeri gəlsə, bəli, sizdən də radikalam. Mən elə həmişə dedim sizdən radikalam. Sizin xəbəriniz yoxdur bəkət. Xülasə, indi də qəziyyə budur. Biz Azərbaycanda türk dilinin yerinə düşməsinə indidən lazım deyək, danışaq. Amma məncə özəl bir siyasət götürməliyik. Türk dili topluma yayılmasına qədər. Yəni, Fars dilinin ki, indi 100 ildir burada öyrənib bu insanlar toplumda, Türk dilinin məqamını, yerini yayılmasına özəl siyasət lazımdır bir devri. Ki, yerin alsın, filan olsun, anlaşandan sonra ondan sonra başqa dillərin öyrətimi filanı, zərurət əsasında, qanun əsasında heç müşkül deyil. Yəni, bu məsələni, dil məsələsinin siyasətini mərkəzi dövlət təyin eləməz federal dövlətdə. Bəlkə yerel dövlət siyasət, dil siyasətini götürər. Ona görə yerel dövlət siyasət götürəndə dil dilinə, türk dilinə müəyyən bir zaman içində özəl bir yapısı, özəl bir siyasət olmalı lazımdır ki, dil yerini alsın, ondan sonra başqa dillərin öyrətimi başlansın. Siz tüm buna işarə ediniz, mən də bir işarə edeyim Quebecə. Quebecdə əgər məsələn, mən buradan köçsəm, İngilis dilli dövlətdir, buradan köçsəm Quebecə ki, məsələn, məndən 5 saat yarım o yüzlükdadır, maşınla geçsəm, mənə orada izafi imkanlar verir ki, Fransa dili öyrəşəm. Yəni, məsələn, məzərət istəyirəm, məsələn, bir nəfər bura gələm. Əsən, Quebec xaricdən çox xaricəli götürür və orada çox imkan verir, uzun imkanlar, çoxlu mali imkanlar verir ki, siz Fransa dilini öyrəşəsiniz.
Bunu istədim. İndi Əlbəttə, aydın o. əlbəttə o gözəldir. Yəni təbiidir ki, hər kim indi də Azərbaycanın rəsmi dili türkçə olacaqdır və o türkçənin güclənməsi üçün lazımi siyasətlər o zaman dövlətimiz umuram ki, bizim kimi düşünsün və gözəl siyasətlər götürsün. Onda biz yoxuq ki. Tamam. İnşallah olarsınız. İnşallah olar hamımız. Olsaq nə gözəl olar. Ən azı bir müşavir rolu, ən azı bir müşavir rol oynarıq orada. Niyə ki olmasın, inşallah olar. O günləri görər vətəndə. İran və farsların siyasi gələcəyi necə görürsünüz? İran Belə soruşum. Acaba İran dağılacaqdı, yoxsa qalacaqdı? Əsla heç bir nişanı göstərmir ki, İranın dağılmasına hətta belə bir zərrə də nişan görsənmir. Hətta mən deyərəm ki, mənim sözümü ciddi alın. İranda nasionalizm elə güclüdür ki, hətta bizim millətimizin yanında, mərkəz nasionalizmi elə güclüdür ki, mümkündür biz haqq əldə edə bilməyək. Mümkündür. Elə güclüdür. Əgərsə elə güclüdürsə, niyə aradan geçsin də qrup dövlətində? Nümunəsində ən son hərəkətdə Berlində 100 min insanın meydana çıxmasında gördük ki, 100 min insanın hangisi nə qədər qeyri-fars və nə qədər fars, yəni mərkəzin güclü bir dövlətin. Əsasən bu hərəkətdə, bu son hərəkətdə fars millətinin oluşumu oldu bu qadın yaşam hərəkatında. Yəni indiyəcən 58-ci ildə üçün İslamiyyət filan vardı. Bu milli nasionalizm, fars nasionalizm meydana gələ bilmədi. Amma indi hətta inqilab olmadan belə bu hərəkətdə bu Berlinin 100 min təzahüratında çox böyük göstəriydi və hətta məndən soruşsan biraz da təhlükəli göstəriydi. Bizə uyarı verirdi ki, yəni huşsuzluğun başında dəqiq hesablar gedin. İran farsların ekonomisel gələcəyi necə görürsünüz? İran kimi ölkələr ekonomi cəhətindən yarım gəlişmə halındadılar da hər halda. Yəni İran demokratikləşirsə böyük bir imkan vardır ki, ekonomi cəhətdən çox sarsılmasın, devam edə bilsin həyatına. Amma İran yenə bir diktatorluğa geçirsə və düzgün müdiriyyət məsələlərdə olmasa ki, təbiətən bir diktator da ölkədə ola bilməz. Yalnız diktator deyil İranda da, xalqlara qarşı daxili istimar. Yəni əsasən problem budur İranda. İran dövlətinin büdcəsi bölünür fars bölümlərinə. Qeyri-fars bölümlərə imkan verilmir. Yəni bu əsasən bir ölkənin sarsılmasının başlanğıcıdır. İran demokratik olursa ki, federal olmaq vasitəsilə mümkün deyil. Onda büdcə paralel, yəni rüştə. Niyə? Yəni indi Bəluçistanın nümayəndəsi yoxdur. Mərkəzi dövlətin xırxırasına yapışsın ki, büdcədən bizim səhəmimizi neynəmişsiniz. Amma federal dövlətdə Bəluçistanın rəsmi dövlətin nümayəndəsi o kesin xırxırasına. Eləyə bilməzlər başqa bir şey. Məcburdular, yəni paralel büdcənin bölünməsində. Çünki dövlət var bu əyalətlərdə və istəyəcək. Ona görə federalizm İranda qurulsa, İranın iqtisadi yaşamının vəziyyətinin daha xoş olması gözə çarpır. Amma onu bilməyimiz lazım. Farsları soruşuram. Məsələn, farslar bu şeyin içində, bu cərəyan içində fars kəsimi iqtisadi cəhətdən ən güclü bölümüdür. İran siyasətinin iqtisadiyyatında fars bölümü ən güclü bölümü. Əgər federal sistemə baxsaq, mən Kanadanı genə misal vururam. Kanadada məsələn Quebekin nəfti var. O birisi 11 eyalətin nəfti yoxdur. Qazı yoxdur. Yəni bunlar yoxdur da, 11 dənə adam. Məsələn, istəyir ki göndərə bu Quebek ortadadır. Üzrsə Quebec dedim. Alberta. Albertanın nəfti var, o birisilərin yoxdur. İndi Alberta istəyir ki nəfti göndərsin, ya gərək göndərəcədə o şeyə, qutbudan gedə, yəni o buzluqlardan. Ya gərək göndərə Amerika, Cənubi Amerikaya gedə, Amerikanın cənubuna gedə, güneyinə, ya da gərək göndərə bu başdan, ya şərqidə okyanusa, ya qərbidə okyanusa. Yəni yolu yoxdur, sürü ortadadır. Və neçə min kilometrdir, neçə min kilometr gərək lülə çəkir. İndi o iyalət deyir ki, mənim istəyirsən gələsən torpağımdan lüləvi aparasan, məsələn, %1 belə pul satışından istəyirəm. İndi mən əcəb 15 ildə bunun bəhsi var. O 15 ildə olmuşsa 12 ildə bəhsi var. Nə bu çəkə bilibdir, nə də o qoyubdur. Deyir ki, mən bir belə istəyirəm, verirsən ver, verirsən vermə, kredi ilə daşıdır Amerikaya, Amerikadan aparırlar. Məsələn, bu işi görürlər.
İndi, məsələn, əgər farsların, ərəblər sizin bölgədə nəfti idarə edirlər. Azərbaycan öz mədənləri, Bəluçistan öz mədənləri, Türkiyə hər kəsin öz yerini idarə edir, suyun da idarə edir, hər şeyin idarə edir. Əcəba, burada farsların, məsələn, amar verirsəm xidmətinizə, məsələn, İsfahanda Kulli, Asiyayı Cənub-Şərqi, Çində onun içində olaraq Japon, Çin, Kore və Singapur, bunların hamısından çox orada bir şey var. Motosiklet karxanası var, ulat karxanası var, nə bilim filan karxanası var. Amma bunların hamısı çünki özdə su işlədəndiyi, məsələn, hər 1 kilo dəmirə məsələn 4 ton su işlənir. Məsələn, deyir ki, bu gərək oradan gələ, yəni ərəblərdən, bəxtiyarilərdən, lorlardan gərək gələ bura su. İndi bunu nəft oradan gərək gələ, qaz oradan gələ, filan. İndi əgər bu alınsa, yəni federal şəkildə ərəblər deyələ biz vermirik. Ya da satırıq. Necə məsələn satırıq Çinə, ya Amerikaya, ya hər yerə satırıq, Japona satırıq. Elə həman qiymətə də mən Tehran, Fars sənə satıram. Onda nədir görürsün? Yəni mən istəyirəm o bir suma verəsiniz ki, o vəziyyətdə ki İran federal olsa və hər kəsə öz mənabeyin kontrol eləsə və o birisi federal üzvə satsa beynəlmiləl qiymətə, siz onda nədir görürsünüz İran vəziyyəti? Bir dəfə Lenin Sovyet Birliyində bir qanun çıxartmış, bir idəsi vardı da ki, dövlətlər hamısı ayrıla bilərlər. Yəni 5-15 dövlət nə zaman istəsə ayrıla bilər Sovyet Birliyinə də. Dövlət gəlib yapışıb da Azərbaycandan sonra. Azərbaycan ayrılanmaz. Niyə? O %90 nəfti təmin edirdi. Siz bu şeyi saxlayın orada. Yəni milli Sovyet Birliyinin ya deyək Rusiyanın dərvaqa milli mənafeydi o. Mənfəət məsələdir. O çox ciddi məsələdir. İndi gələk İrana biraz. Yəni bu təcrübə üçün sizə dedim ki, yəni ora düşünün ki, o mövzular. İndi əgər sən mənim o sözüm ki, dedim nə qədər düzdür da, indi biz onu bilmirik, amma görüntü belədir ki, yəni nasyonalistli partiyalar, mərkəz nasyonalist partiyalar çox güclü. Yəni, bilmirik hansısı çox rəy gətirəcək, amma onlar çox rəy gətirəcəklər deyək. Belə görsənir indi. Məgərin ki, bizim, yəni daliyə qalan hamıdan daliyə qalan bizik, ha? Türkçülərdir hamıdan daliyə qalan. Yine başqa bölgələr, qeyri-fars bölgələr bəziləri yaxşıdır. Bəziləri məsələn dinləri, məsələn sünnidirlər filan da mərkəzlə qarışmazlar. Amma bizim vəziyyətimiz, ərəblərin də vəziyyəti xoş deyil, onu da deyə bilərəm. Amma ərəblər də şiədirlər, bilirsən də, yəni İran ərəbləri və daha çox asimilə olmağa kapasiteti çoxdur orada. Yəni ondan sonra budur söz budur. Biz gedirik o məclisə də bunu anayasa təyin edəcək ki, məmləkətdə olan yeraltı qaynaqlar, yerüstü qaynaqlar necə istifadə olunmalıdır? Bunu kim təyin edəcək? Bunu anayasa təyin edəcək. Anayasa kim yazacaq? Anayasanın məclisində oturanları. Ona görə biz o anayasa məclisində anayasanın yazmalarından qaçmalıyıq. Hamımız ora getməliyik. Orada güclü olmalıyıq. Əgər o məclisdə, müəssis məclislərdə güclü ola bilməsək, yazıq olarıq. İndi orada anayasanı yazanda baxarsınız ki, nə yazırlar? Məsələn, ümumiyyətlə qaynaqlar, yəni yeraltı qaynaqlarını müştərək bir şey tanıyırlar. Məsələn, deyərlər ki, məsələn, bu qaynaq əgərsə Azərbaycandadırsa, məsələn, bu şeyin qaynağın 30%, məsələn, %30'un götürsün, Azərbaycan qalanı versin mərkəzi dövlətin büdcəsinə. Məsələn, yerel qaynaqların özünə bir aid bir şey verərlər. Amma, bak filan, məsələn deyirəm bu qanun. İndi qalıb orada nə qanun istəyir yazılsın? Orada biz güclü olursaq, federalınız onda şey olur, onda sizin federalınız onda olur şey daha Fars federalı, yani federal olmadı çünkü. Merkez federal olur. Yok. Dikkat edin. Bakın biz onu təyinləmirik. Dedim də, mən sizə dedim, çox mühümdür o anayasa həyati rol oynayır. Həyati. İndi mümkündür bir deyə, boş verirlər, nə edilərsə, biz gedər öz yolumuza filan. Sən gedərsən öz yoluna 5 gün, 3 gün, 5-6 ay, 1 il. Ondan sonra ordu ilə gəlirlər xidməti və qeytərərlər. O cür olur. Ona görə düzgün düşünmək lazımdır. Bizim bir fürsətimiz var düşünməyə. Bir fürsətimiz var ki, ona görə məncə istərəm ki, gedək bax, dünyada siyasətçilər var da, çox təcrübəli adamlar var, çox. Gedəsən onlara dəvət edək konferanslarımıza. Qardaş, burada bu mövzunu danış bizə. Biz bunlardan istifadə edək. Bizdə təcrübə azdır.
Biz təcrübələrdən istifadə etmemiz lazımdır. Ona görə o anayasanın orada yazılması məclisin yapısına bağlıdır. Yəni məclislərin yapısı necədir, bizim durumumuz orada necədir? Zəifik, qəviyik, ortayıq, filan. Baxın, indi bu fərz sizin federalizminizi əslən qeyri-qabili qəbul edər. Yəni, əgər gələ ola elə bir federal ola ki, büdcəni nəfti sata %30'un verir ora, mərkəzə. Mən niyə gedər məsələn federal ola? Dikkat elə. Bax bir, niyə getməniz adı? Baxın, siz soruşun niyə gedər? Nə deyirəm mən? Mən deyirəm ki, o məclisdə bizim zəif. Yəni gücün yoxdur da. Yəni biz orada məclisdə azıq, yəni gücümüz yoxdur da. Olan gücü çoxdur. Federal olmaz ki, Afonda federal onda elə bir da. Mənə qulaq as. Mən sizə əvvəldə dedim ki, federal dediyində onun qalıb necə yapılır da federal. Yəni federal, yəni elə adı federal gəldi hər zat düzəlməz ki, onun yapısı mühümdür federalın yapısı. O federalın yapısına hansı güc, nə qədər güclə gedirsən. Söhbət eləmədik mi? Sənin gücün olmasa nə verələr sənə? Biz Təbrizdə deyirlər, bir bal soğuz verərlər sənə. Yox, vermez. Pulun olmasa. Yəni tamam da. Yəni biz bunu əsas tutmalıyıq. Orada da məclisdə də güc təyin edəcək. Kimlər çoxdular, ədəd çoxda bir mütləq çoxunluq var. Sən istədiyinə çatarsan. Nisbi çoxunluq var, nisbi istədiyinə çatarsan. Sən deyəsən ki, sən deyəsən niyə? Deyəsən niyə yox da? Bu qədər gücüm var qardaşlar. Bir bağın pulunu vermirsən, bir bağ alarsan. Finans TV'də mən bir sual soruşardım qonaqlardan normalda. Sonra da bunu şeydə qoydum. Yəni Facebook'da da qoyurdum. Dedim ki, bir dənə dəlil gətirin ki, Əl-Əhvaz ayrılsa, Azərbaycan ayrılsa İrandan zərər edəcək. İndi bu fərzinlə ki, əla məsələn bir dənə federal gələ. O federalda yenə də büdcələr gedə mərkəzə. Mərkəz istəsə neynəsə Sən o sualı verirsən ki, ayrılsa mənfəəti nədir? Onun sualın cevabı sənə birinin əqli olsa, təcrübə siyasi olsa deyəcək ki, ayrıla bilər, ayrılsın qardaş. Ayrıla bilər də, onda mən də deyirəm ayrılar məsələn. Sən deyirsən də ayrılar. Sən ona inanırsan, amma zəmində qüvvən çox olsa, tam da məclisdə göstərərsən da, gücün olsa məclisdə göstərərsən da, içəriyyətdirsən. O bəhsi dünən eləmişik. Yəni o qədər yox, sən gücün nədir göstərərsən? Deyirsən məclisdən, bir dəqiqə, yox, bu o qədər aydınlaşmalıdır ki bizə. Deyirsən Əhvazda seçimlərə, Əhvaz nümayəndələrini göndərir. Nə qədər nümayəndəsi Əhvaz tərəfdarıdır, nə qədər nümayəndəsi mərkəz tərəfdarıdır. Onu kim təyin edir? Xalq təyin edir. Xalq seçəcək də nümayəndələr. Ona görə o lazımdır. Yəni biz, yəni sənlə mən təyin eləmirik. O rəylər, o səslər gücünlə gəlsə məclisə, bizimki güclü, yəni o tamam istədiklə adamlarımızın rəyi, məsələn 40% nümayəndəmiz olsa, həqiqətən türklərin 40% məclisdə nümayəndəsi olsa, oradan da kütlər və usta gəlsələ problem var, əksəriyyəti mütləqəldir da. Cənab Şamili, sən deyirsən ki, bizə istiqlal ala bilərik, amma nə cür istiqlal ala bilərsən ki, 40% məclisi gətirəmsən, məclisi müəssisə ki, orada qanunu sənin istədiyin kimi yazsın. İstiqlal əsən məclis müəssisəsinə ki, yox, o istiqlalı demirəm. İstiqlalı ki, o mümkün deyil, o demirəm. Yəni, məclisdə ki, çox imkanın var da, özündəyəsən fəqət. Türklər də tamamı bəşəriyyət İranı tökə bilərsən. Onu mən sizə bütün açıqlayayım da. Bizim bir dana təcrübə var tarixdə. Mən uşaq idim, amma təcrübələri yadımda saxlamışam. Yəni, mən deyirəm, bəlkə bəzən deyərəm, bunu insanlar, deyərəm nənəmdən düşəndə nə cür düşmüşəm, yadıma gəlir. Amma insanlar inanmazlar. Deyərlər yadıma gəlməz. Yəni mənim yadıma bir şeylər gəlir. Mənim yadıma gəlir İnqilabda, məclisi müəssisəsində, qanun əsası danışanda, şiələr, çünki molla şiədir başqa dur, baxı. Bizim də milli mənafeyimizi o təmin elər ki, şiə yox. Hamısı sakit qalır. Əsli 15 yazanda bax. Fəqət bəluçların nümayəndəsi durdu danışdı. Dedi ki, filandı, bəhmandı. Niyə? Çünki o həll olmamış yox içəridə. O bilirdi ki, əqəlliyyətdə də əzəcəklər. Amma biz, ərəblər danışmadılar. Biz danışmadıq. Niyə? Yox, qulaq as. O 15-ci maddənin əslin döktür heyət qu'il göndəriblər. Bir növrəsin. Onu ola göndəriblər. Çünki varid olmaq lazımdır. Onlar biraz tədil elədilər. Dəyişdilər, o kimi istəyirlər, amma o dil məsələsinin
Yəni Azərbaycan əncüməni pişnahad eləmişdi gəlsin ora. Amma Pişnahad danışmaqda etdi. həqlisən. Məclisdə- Orada məclisdə müdafiə edən yox idi. Məclisdə heç kəs əslən istəmirdilər. Yəni adamlar o qədər axmaqlı idilər, üzr istəyirəm. Çox Yo, yo. mənbəşli. 30 idi. 30 Yəni- idilər. Nümayəndələr göndərmişdi, Xumeyni pərəst idilər. Gic Yəni- idilər. Təbrizdə rahpeymalıq edirdilər. Əhli, bizon, batildi. Onlar orada təyid edirdilər. Bu qədər belə biz bədbəxt bir millət olmuşduq. Yəni sərnişinimizi vermişdik, yəni inanmışdılar da bilirsiniz. Onlar ki əvvələn mollaları göndərmişdik. Mollalar da hamısı sistematik bir şeydilər də, rütbələri var. Üst ərkeş kimidir. Mollalıq ərkeş kimidir. Üstdə başda oturan, aşağıda fərman aparır. İnan, gülməyin. Dəqiqən bu cürdür. Görürəm də, o ayət nizamı ayətullahıdır o. Bir də ki, pul. Hər kəs pul verirsə, mən də tələbə olmuşum, sistemi var idi biraz. Mən özüm tələbə olmuşum. Allah Mən Allah. sistemdə, bəli. Mən Bizi sistemdə, qorxutmayın da bizi. sistemdə kim məsələn çox pul versəydi, onun çox şagirdi çox olardı. Aylıq alardı. Da biz məsələn gedib aylıq alardıq. Ayda məsələn 60 tümən bu verəcəkdi, 150 tümən o verəcəkdi. Bax 60 tüməndən danışırıq ha, 60 mindən yox. 60 dana tək tümənlik, yəni 600 dana 6000 dana qıranlıq. Bu verərdi. 150 tümən məsələn daha çox hüquq verən mən bilmirəm aldım Xumeynidən ya yox, amma məsələn Xumeyni verirdi. 150 tümən verirdi. Fiks edirəm. Bilmirəm aldım ya yox, yadıma gəlmir. Səlah dəyişikliğim yox ha. Vaqəən yadıma gəlmiş. Mən Xumeyninin şeyindən aldım səhliyə ya yox. Çünki mən heç məmulən getməzdim ola. Məsələn mən ofisinə getmədim. Mələkuti onun nümayəndəsi. Məsələn onun heç vaxt ofisinə getmədim. O zaman onun ofisinə getdim ki, bir dənə tələbəni oğurladılar. Oğurlayanıcı mən onun getdim oraya. Orada da ixrac oldum. Yəni dafiyə getdim. Şikayət elə adamları tutturduq, saldırdık, zindana falan. Bunlar getməyək bu nəqillərə. İstəyirəm deyəm ki, yəni mən o sistemi biraz bilirəm. Molla sistemi şeydir, ərteş kimi dərəcədir, dərəcə üstündədir və pul üstündədir. Hər kəs çox pul verirsə onun üçün də bir xüsusən Musəvi, Təbrizi, sonra Dadistan oldu ha. O necə inqilabda 56-da məsciddə danışırdı, zəbt olub qalır da indi. Deyirdi ki, mən almanı yesəm, yarısı qarnıma geçsə, yarısı ağzımda olsa, qusaram qarnındaşını da tökərəm. Əgər şəriət mədari həzrətləri desə ki, şeydir, haramdır. Amma Eydaş, mənim telefonum bağlanır, mən bu simi tapmasam şey olacaqdır, bağlanacaqdır. Bir dəqiqə mən tez bunu taxım bura, zahirə bəhtim qurtulur. Mən, biraz da mənə rəhmin gəlsin, biraz yığışdıraq. Yığışdırsaq, sabahları axir günümüzdür. Lağəl Yox, siz fikir etdiniz axir günümüzdə. Bizə çox danışaq. Lazımdır bu söhbətdən danışmağa. Davam edəcəyik. Devam edəcək, amma sabah yoxdur. Məsələn, bir ay, 2 ay sonra. Bəli, Onun üçün 3 ay sonra. Onun üçün devam, bu gün biraz isliyaq, heç olmasa biraz... Bu sıxıntıya ki, bu uzunluqda müsahibələr ki, zapazı, biz 7-8 dəqiqə istirahət edirik. Amma yəni işdən qoymursunuz, mən ali iş görəmirəm. Tamam, o cürdür. Qaçaqaz bir işlər görürəm. Baxın, sizin hələ gecədir. Sizin orada gecələr danışırıq sizinlə. Salih bəy İldırımın saat 11-də başlayırdıq. Saat 4-də qutarırdıq. Yəni, nə sübisi gedə bilirdi, nə hardan sonra. Yəni, belə bir durum var. Yəni, mən özüm də oturam. Mən ki, burada başlayıram, bir yarımdır. Yəni, bu tür olur. Ərz edim xidmətsə, hər halda o İranın məsələsinin, modların məsələsinin fəqət misal budur ki, biz olaraq özümüzü tapışdıra bilmərik. Yəni, yaxşı içərdə nümayəndə göndərəcək, geçsin, neynəsin. Mən bilmirəm, onun nə zəmanəti var ki, orada, məsələn, İran dövləti bu günləri məclisə danışdı, o şey, nə biləydi, Qəşqayri nümayəndə ha danışdı, dedi ki, mənə 300 milyard, 300 milyard, fəqət pişnahad elədilər ki, getginən, televizyonda denən ki, məclis, biz SUV maşını deyirik da, şasi bulənd deyirlər İranda, şasi buləndi almayıbdı nümayəndələr. 300 milyard. Bir dana çox məsələli pul deyil. Nəyə verdi onu? Adam deyir ki, mənə deyirlər ki, 300 milyard sənə çək veririk, getginən al bunu, getginən radyo, televizyonda müsahibə elə, deyirən ki, nümayəndələr şasi bulənd maşın almayıblar. SUV. SUV maşın. Baxın, çox şeydir. Yəni, adama deyərlər ki, sənə bir 50 milyard verəcək. Səncə burada, məsələn, futbolda bilirik, traktoru məsələn belə eləyirlər.
traktor termiki var Təbrizdə. Bunu belə edirlər. Deyir, məsələn, bir belə verəcək, sən 10 milyard verirəm, sən uduz. Qolen uduzu. Qolen özü rəsmən çəkilir, ödənər, beşi qoy vursunlar. İfa gedir qırağa. Çünki məsələn 2 milyard, 3 milyard alıbdır. Bilin, bu futbolist gedək burada. Yəni Azərbaycan Demokrat Partisinin nümayəndəsi ilə burada 5-ci gündür danışırıq. Və fəqət bir günümüz qaldı. Yəni sabahları ən son gündür. Buradan 3 gün milli ərdəmli, yəni ən üstün rütbə nişanı alıblar məndən. Bir gün ən ərdəmlini alıblar, biraz aşağı o milli ərdəmlidən. Və bu gün də milli ərdəmli aldılar. Çox gözəl bəhslər apardıq. Təşəkkür edirəm. Politikal dilizi çox çalışdım, biraz gətirəm. Aşağılıq gəlmədiniz, amma hər halda gözəl. Təşəkkür edirəm. Dostlar, gələn həftə, yəni cuma axşamı, cümədən Salih bəy Kamirani ilə davam edəcək. Azərbaycan Mərkəz Partisi lideridir. Eyni halda TV-ləri vardı, onlarla davam edəcək. Və bunu da deyim, dünənləri xəbəri vermişdim. Salih bəyin əmri üzrə, fərmayışı üzrə televizyon bizim videolarımızı hazırlamağa başlayıblar və yaymağa başlayırlar. Yəni, həqiqətən gözəl bir şeylə buradan da mən Salih bəydən bilmirəm də vardı, yoxdur, təşəkkür edeyim. Bu çox gözəl bir imkandır ki, yəni televizyon vasitəsilə bu yayılsın cəmaətimizin içinə. Bizim media imkanlarımız həqiqətən çox zəif və azdır. Bu günlərdə təşrif gətirmişlər, baxdılar, uzun zaman. Salih bəy Yıldırım cənabları da buradaydı. Əgər iştibah eləməsəm, Araz Ataxanı da gördüm. Ondan sonra yazarlarımızın çoxunu gördüm burada. Bilmirəm, qaldılar, qalmadılar, getdilər. Onları mən görə bilmirəm, çünki gedir üstə. Amma çox kaliteli insanlarımız gəlmişlər, baxırdılar qəziyyəni, yəni sonra da videolara baxırlar falan. Bu da bir tərəfdir. Mən özümdəki normalda bir 300 adama göndərirəm. Yəni videoları 300 adama göndərirəm. Bilirsiniz daha bir ilginç bir nöqtə var burada. Maraqlı, yəni bir məqam var. O da budur ki, deyirlər ki, eşidəndə ki, siz məndən müsahibə eləyirsiniz. Deyirlər bir istiqlalçı, bir federalçını necə bir müsahibə eləyəcək? Baxın, bu nə cür müsahibədir? Orada nə cür danışdılar bir-birindən? Ona görə gözəl örnek olacaq bu bizim bu danışmamız ki, yəni mən yazılarımda da o videolara alt yazıcı yazıram. Hətta orada da yazıram ki, bizim Yunus bəylə bəzi mövzularda çox ixtilaflı şeyimiz oldu. Çəlişki danışığımız oldu. Məsələn, dünənlər bir Türkiyə haqqında bir gün ciddi bəhsimiz oldu. Mən cənabımızla müxalif getdim bir gün. Şeyin üstündə oldu, döktür deyirəm. Pişəvəri rəhmətliğinin üstündə ciddi bəhsimiz oldu. Demokrasinin haqqında ciddi bəhsimiz olubdu. İranın haqqında ciddi, çoxlu mövzularda ciddi bəhsimiz oldu. Amma bunu yazıram ki, iki insan ki, bağırmadan, çağırmadan, tohin eləmədən, ay sən təciyə tələbsən, sən istiqlalçısan, sən federalçısan, bunların üstünə, bunlara bərçəsb vurmadan iki dana insan kimi oturup danışabiliriz. Evet. Fikirlərimizi alıb veririk, bir-birimizi eşidirik. Mühüm bu deyil. Ən mühümü budur ki, mən cənabınızı eşidirəm, cənabınız məni eşidirsiniz. Onlar da bizi eşidirlər. Məsələn, bura gəlib, məsələn, bu dostlarımız gəlmişlər, bu günlər istiqlalçılar, cənabınıza qulaq asırdılar. Yəni, hətta, məsələn, biri bir-iki dəfə yazdı, o birisilər fəqət səlam, Yunus bəy, necəsiniz, halınız, əhvalınız. Bundan izafi heç kəs yazmırsınız, otururlar, fəqət qulaq asırlar. Biz birinci dəfə bir-birimizin eşitməyi məcburiyyətindəyik. Çünki məsələn, mən baxanda görürəm ki, sizlə istiqlalçıların o qədər bir fərqi yoxdur. Bəzi yerdə radikalsınız. Bəzi yerdə dağlısınız. Yəni, bəzi yerdə təbii ki, məsələn, siz İranı sabahçı sorularını gələcəkdir. Məsələn, indidən də soruşum, sabaha hazırlaşın. Məsələn, siz istiqlalçıların qabağında federalçısınız, yoxsa İranın qabağında federalçısınız? Buradan başlayasınız. Bəli, sabah cavab verəcəksiniz. Güzel, bir sualı verirsiniz, yaxşıdır. Sabahdan biraz düşünərsin, neynəmə. Ərz edeyim xidmətinizə dostlar. Buradan 3 parti gərək şirkət eləyəydilər. Bərnamələr qabaqdan yazmışdıq. Güney Azərbaycan İstiqlal Partisi 6 gün huzur tapıbdır. Sonra da 6 gün
7 gün bunları video şeklində göndəribdi. İndi biz 11 dana onların videolarını görə bilərsiniz. 11-ci bölümdə mən qoyduq. Görə bilərsiniz. 6 günün, 5 günün milli ərdəmli, 1 günün də ərdəmli. Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı mütəəssifانə gəlmədi. Yenə də əvvəldə dəvət eləmişdik. Yenə də dəvət edirəm. Təşrif gətirsinlər programa və sorulara cavab versinlər. Burada bir kültür yaranır. İndi biz danışıq kültürü, siyasət kültürü yaradırıq. Çox yüksək səviyyədə. Yəni mən sizin cənabınızdan da soruşa biləm, Şamili. Siz nəzərinizcə danışqah səthində ya nə səthində bu bəhslər için cənabınızın edirik? Bunu ərziyabiz nə səthindədir? Hangi səthində görürsünüz? Qəşəng başlanğıcdır. Yəni başlanğıc yaxşı başlanıbdır, güzel başlanıbdır. Qoyun biraz da devam etsin. Bir değerlendireceğim bütün sözü. Yani biraz elə ciddi değerlendirip yayacağım sizin. Suallarda suallar yaxşıdır. Suallar itibaren suallar yaxşıydı ki onu yani bir akademik kategorize olsunlar filan. Yani onu bir yere yığıp onu toplayıp siz ondan bir neticeler alabilirsiniz. Yani bir yere eğer siz mesela bir tez yazarsınız filan elərsiniz. Yani o seviyede suallar toplum olursa, şeyler sualların hamısı gəlməyib mənə bir bölümü bilirəm. Amma görürəm ki, yəni işləmə olaraq da onun üstündə, sualların üstündəki güzel bir sonuç çıxardarsınız. Mən bu gün Qazaxıstan cənabınıza sualları göndərəm, sualları çoxdan göndərəm. Yox, sual var məndə, ehtiyac yox göndərsiniz. Tamam. O suallara sabahları cavab yetirəməyəcəyik veraq. Onlara kətbi ya şəfahi cavab istəyəcəm cənabınızdan. İndidən də bunu deyim ki, onları cavab... Yəni, şey deyək, onları üçün səsindən danışmışıq, elə səsindən devam edək ki, qulaq asmaq rahat olur. Qulaq asmaq, maşında gedirlər, oturub evdə iş görürlər, yəni, qəzəb yazılsın. İndi onları, buradan elə bunu da deyim. Mənim projem budur. Bu dünənləri Salih bəyin son şeyi qurtuldu, videoları. Salih bəylə bugün danışacağım, xahiş edəcəm ki, bir özü də baxsın əvvəldən axirə. Bir ayın içində, 2 ayın içində mənə xəbər versin ki, sorulara bir şey əlavə, cavablara bir şey dəyişmək istəyir, əlavə eləmək istəyir, nə cür. Ondan sonra onları kitab şeklində hazırlayacağım. Yəni bir nəfərə pul verəcək, onu tayp eləsin. Ya da taypını görək, eləyə bilsək, YouTube'dan götürək, onu İngilisi Farsı, İngilisi Türkçü, Ərəbi Türkçü və bu da bu Türkçü, İngilisi Türkçü bu şekildə o kitap şeklində veraq dünya üzərində yayılsın və bəlli olsun ki, Azərbaycanda siyasilərimiz nə düşünür? Əla fikirdir. Çox sağ olun, təşəkkür edirəm. Bizə sağ olun, zəhmət çəksiniz həqiqətən, bəxt qoysunuz belə. Var olasın. Ona görə qəddarlıq lazımdır. Qurban. Təşəkkürlər. Dostlar, sizə də hamımıza can sağlığı arzu edirəm. Lütf elədiniz, gəldiniz. Sabahları saat 9 Təbriz vaxtı ilə yenə də canlı yayımız Sayın Yunus bəy Şamili cənabları ilə devam tapacaqdır. Gecəz xeyrə qalsın, görüşmək ümidi ilə. Sağ olun. Yəni bir tamaşaçınız var, daima sizə orada ürək, yəni qəlb göndərir sizə. Xeyr, bir dana deyək. O tamaşaçılar cümləzdən xoşu gələndə sizə qəlb göndərirlər. Cənabınıza çox qəlbi gəlir. Bilmirəm, baxırsınız ya yox. Siz danışanda görürəm orada qəlbi daima gedir. Mən deyirəm bu qəlblərin hamısı sizə verilir. Deyirəm Xeyr, hər kəs danışanda onun cümləsindən xoşları gəlsə, orada qəlbi göndərirlər. Bəs onda qəlbi verənlərdən də çox-çox təşəkkür edirəm. Bəli, onlar o sevmək əlamətidir. Gecəz xeyrə. Çox sağ olun. Hər kəs yaşasın. Çox sağ olun. Sağ olun. Sağ olun. Hələlik.